adamıyıq. Bir dənə selamun aleyküm. Esselamu aleyküm. Yaxşısınız, halınız yaxşıdır. Çok sağ olun, teşekkür ederim. İstəyirəm bunu deyəm ki, vaqəən canım Şamili, İranda bizə bir təvəhhüm yaradıblar. Ki biz hər şeyi bilirik, dünyada hamıdan üstü, hər şeyi bilirik. Hər kəsdən soruşsan hər şeyi bilir. Göylərdən danış, atomdan danış, cərrahidən danış, mühəndislik, hər şeyi biz bilirik. Amma gəl dünyanın ən geri qalmış milləti bu heç zat bilmirik. Mən də bunların içindəyəm, mütəəssifانه mən də bu təvəhhüm danayıya mübtəlayam. Bu təvəhhüm danayıdan çıxmaq üçün dostlarla danışırıq, öyrəşək. Bəzən məni çox dəyişdiyin, əgər cədələ girirəm, çox üzr istəyirəm dostlardan, qulaq asanlardan da. Amma onlar o mövqelərdir ki, mən öz içimdə bir challenge düşürəm. Vallahi inanın, yəni mən içərimdə bir düşüncə insanım da, yəni beynim var. Beyni olduğu üçün düşünürəm. Bu beynimin içində birdən bir sözlər gəlir ki, qatışıram bir-birinə, simlərim qatışır, onlara həll eləməyə, çözməyə çalışıram. Hər halda çox təşəkkür edirəm, təşvik etdiniz. Mən də çalışıram ki, siz o düyünləri zehninizdə çözməkdə əgərsə yardım olacağımsa, yardımcı ola bilərəmsə, çox sevinərəm ki, həqiqətən bu düz sözdür ki, biz bunu dünənlərdə danışığımızda izah etdik ki, biz bir dənə geriyə qalmış ölkədən gəlirik. O geriyə qalmış ölkə keçən 100 ilin, yəni modern tarixin tamamı 100 ilində sansor, diktatorluq, istemar, yəni hər türlü biz zülmə məruz qalan bir xalqıq. Yəni məlumata ulaşma imkanımız yoxdur. Çünki sansordur da orada. Yəni sansor elə normal insanlar xəbərsiz, sansorun nəticəsi xəbərsizlik də, xəbərsizlik yəni bilimsiz və onun sonuclarının, yəni bu sansorun faciəvar nəticəsini sizə bir daha bir misal ilə vura bilərəm elə indi qısa. İran Cumhuriyyə İnqilab Şah əleyhinə, Şah istibdadının əleyhinə inqilabın sonucu o sansorun nəticələrindən, sonuçlarından biriydi. Yəni necə? Dini istibdad tarixdə 200 il, 300 il bundan qabaq dağılıb və hər kəs bunu bilir və Avropada yeni dövlətlər sekularizm əsasında qurulmaqdadır. Və hətta bizim, yəni İranın özündə də məşrutiyyə devrimində birinci dəfə modern tarixin başlanğıcında yazılan anayasada bir sekular dövlət məqsud olmuşdur və o sekular dövlət məşrutiyyət tərəfindən qurulmuşdur. Amma baxmayaraq ki, istibdadın və sansorun hakimiyyəti ölkədə 56 ildən sonra, Pəhləvilərin hakimiyyətindən sonra istibdadı yıxanda və köçəndə xalq hangi sistemi seçəcəkdir deyə, nə istir deyə heç bir şey bilmirdi. Bir Xumeyni kimi bir malla meydana gəlir, hamı üçün heç zat bilmirdi. O bir şuar atır meydana, hamı qaçır. 200 il, 300 il bu tarix, yəni dinçi dövlətin tarixi ləğv olandan sonra İranda 98% insan bir dini hakimiyyətə səs verir. Yəni görün bu insan, bu istəyən, bu sansor insanı harada saxlaya bilər. Yəni əməldə insan 57-ci ildə İranda hökumət seçəndə 250 il tarix siyasından dalıydı. Əlbəttə bunu da Yunus bəy, mən mediada olduğum üçün, media təxəssüsüm olduğu üçün biz Xomeynini heç kəs tanımırdı. O 98% buyurdusa, o 98-in 99%-i tanımırdı. Yəni İranda Xomeynini tanıyanların sayı 50 nəfərə çatmazdı İranda. İranın başında. Amma BBC, radyo BBC bunu bizim beynimizə soxdu. Bizə rəhbər yaratdılar. Yəni baxın biz tanımırdıq ki, bizə yaratdılar, yontadılar, qoydular boş qaba, dedilər, bu sizin rəhbərinizdir. Biz də heç zat ki bilmirdik, cahil bir millət, getdik, dədə-babalarımız da, mən də uşaq idim, amma mən də olsaydım, mən də onlara tay olacaqdım. Yəni mən dədəmdən fərqli olmayacaqdım ki. Məsələn, filan döktür rəy veribdi, filan mühəndis rəy veribdi, filan mütəxəssis, ulum siyasi mütəxəssis, tudə rəy veribdi, mücahiddə rəy veribdi də. Mən məsələn şey deyiləm ki, bir imtiyaz. Dəqiqən də o bilməməzlik sansorun sonucudur da. Sansor, yəni insanın... Həm 10-cu cüdür, həm də 33 istibdad lider təyin eləyir tarixdə.
Geçən neçə yüzildə bizə lider təyin edirlər, bizə gələcək təyin edirlər, bizə indi durumu təyin edirlər. O durum orada onu yaratdı. Türk Əraqdan onu götürdü, gətirdi Fransaya. Gətirdi radyo, televizyona, Ruznamiyə, verdi onun əlinə. Alternativ də qoymadı onun qabağına. Onun qabağında alternativ də yox idi ki, zehni seçsin. Hidayət bəy, indi alimlərin ixtilafı, birinci ixtilafı, bu günün ixtilafı başlanandan meydana gəldi. Alimlər, yəni məndən sizi deyirəm. Doğrudur. İxtilafımız meydana gəldi. Baxın, İran bir ölkədə, bir xalqın beynində bir fikir olursa, müəyyən bir zehniyyəti və ağalığı olursa, xarici ünsürlər ona nəyi seçin, nəyi seçməyin, bu sizə yaxşıdır, o sizə yaxşıdır qəbul edərlərmi? Əgər bilsələr, ağahlıqla olsa. Bilsələr, bəlkə eləməzlər, amma yalnız ağahlıq olmayan yerdədir ki, populistlər, xarici ünsürlər o beyni zehniyyəti soğalaşaq bunu seçin. Çünki beynində ayrı şey yoxdur. Ayrı şey tanımır. Siz fikr edin ki, İran İslam Cumhuriyyəti gəlib alternativ seçən devam buna rəy verin. Hən ya yox dedilər daha. Amma fikr edin ki, orada deyərdilər ki, bir cumhuriyyət var, bir də federal cumhuriyyət var. Və bir 6 ay fürsət verərdilər ki, onun tərəfdarları cəmaətə deyərdilər ki, federalizm, cumhuri federal nədir? Bir cumhuriyyətçilər deyir, cumhuriyyət nədir? İslam Cumhuriyyəti bəlkə %50 də gətirməyəcək. Bəlkə gətirəydi, amma %50 gətirərdi, %97 gətirməzdi. Yəni, əsasda məsələ cəhlidir, naağahlıqdır və bu naağahlıq hardan gəlir? Sansor və sərkubdan gəlir. Yəni, bu deyir ki, əgər sizin kimi düşünsək ki, xaricilər bizə deyir, onu seç, bunu seç, onda yəni biz onda yoxuq ki da. Bizim naağahlığımızdır ki, xaric olan Xümeyni xarici ünsür deyil, daxili ünsürdür. Mallalar ilə inqilab məşrutiyyətdə də vardılar. Daxili ünsürdür, amma üçün cəhli var və boşdur buraya, yəni ayrı bir şey yoxdur, alternativ yoxdur. Sən də olsan, mən də olsan, birinci alternativdə bundan sonra başqasını tanımıram ki da. Bir daha qoyun bir misal vurun, bir zərafatlı bir misal. Mənim bir dostum var. Taza dün danışqa qutarmışlar, dostlarının biri evlənmişmiş yalnız. Bir neçə ildən sonra gedirlər onun evinə, oğlan dostlarda, gedirlər evinə bir çay içirlər filan. Yəni, dostların təhliyəndə xanım, məsələn, mətbəxdə olanda soruşurlar, nə cürdür? Xanım yaxçıdır. Deyə, mən ayrısını görməmişim ki, bu yaxçıdır da. Yəni, bilməm ki, ayrısı nədir olar. Burada da bu bilmir ki, ayrı sistem, yəni zehn, İran zehn var deyə yoxdur. Olsaydı, bilsəydi, bəlkə bu qədər bu Cumhur-İslami rəqət, bəlkə də yəqinən ki, bu qədər rəqətməzdir. Sansorun rolu təyin edici oldu. İndi diqqət edin bura ki, burada bir dərs almış ola bilər tarixdən. Bu mənada ki, İran İslam Cumhuriyyəti seçiləndə 56 ildir İranda sansor vardı, Pəhləvilərin hökuməti. İndi ki, oturmuşuq burada danışırıq, 100 ildir, dəqiq 100 ildir İranda sansor var. Yəni, bu sansorun sonuçlarının gözdən atan, görməyən, diqqət mərkəzinə almayan bir siyasətçi, düzgün strateji qura bilməz. 107 ildir, mən hesapladım, 107 ildir. Siz daha yaxşı, 7 ildə artırın üstünə. Mən o qədər münaqişəli, o sahələrdə çox münaqişəli deyil. Çok sağ olun, teşekkür ederim. Hər halda, nə deyirlər, bu yoxsunluğu, bu beynimizə biraz siyasi vəziyyəti düşünmək üçün bu programı gətirdik. Umarım ki, faydalı olsun, insanlarımız gəlsinlər və buna keçsinlər. Dostlar gəlirlər, salam yazırlar cənabınıza mənə. Dostlar, bütün ciddi müsahibədəyik, kəsib salamlarınıza cavab verəmirik. Bunu ədəbsizlik hesablamayın. Hey yazırlar sonra, niyə cavab vermirsən? Təşəkkürlər. Mən də bir izah verim ki, mən telefonum məndən uzaqdır, mənim əlim yetişmir ona. Ona görə, yəni, altıda çox oxuya bilmirəm. Çünki danışırım, cəhəbiyyət təmərküzüm olsun. Ona görə. Ona görə çox üzr istəyirəm onlardan ki, üzr istəyirəm onlardan ki, mənə yazırlar, amma mən cavab verəmirəm. Yox, mən də görürəm, amma cavab versək şey olar. Mövzu olar. Beynimizdə o mövzudular. Xətdən çıxarıq da. Əhsən. Ərz edin xidmətçə dostlar, Düşüncə Bağı programını aparırıq. Bu günləri 3-cü partinin xidmətindəyik, partidən. Mən bir daha izah vereyim bura getmədən. Siz Düşüncə Bağı adını qoymuşsunuz və o gün gördüm ki, siz onu Farsi otağı fikri tərcümə elədiniz, Düşüncə Bağın. Otağı fikri deyirlər da, dedim o Farsca. Onun türkçə adı var da, niyə Düşüncə Odası olmasın?
düşüncə odası. O Bağ farzını yəni deyirəm ki, onlar da bilsin. Biz bunu düşüncə otağı demədik, yerinə bağ dedik. Buna görə ki, indi məsələn partiləri özləri yəni bağdır. bağ dediğinde yani Gülistan yani herkes var Gülistanlıq, orada. Gülistanlıq, Yani bağlıq. bağlılıktan gelmiyor. Yani Yox, mən burada bağ gətirmişəm. bağı Hər ikisi bostanlar. olur da, hər ikisi də olur. Həm bağ ilə hər ikisi də siz ona bağlısınız, o sizə bağlıdır. Toplum bir-birlərinə bağlıdır. Eyni halda bir Gülistanlıqdır, yəni fərqlilikdir. Mənim burada bir balaca həyətdə otururam. Onun həyətində bir 10.000 dana gül əkmişəm. Məsələn, bunların 10.000 dana belə gül çıxır. Hələsi bir şey. O da bir bağ olur. Hamısı bir-birinə də qəşəng Bu keçinir. hesabıran adıyla o öz hayatınızdan, bahçenizden getirmişsiniz buraya. Ola bilər, ola bilər. Əncəliyim xidmətinizə ki, biz partiləri birinci proje götürdük, partiləri çağıraq gəlsinlər, lütf eləsinlər, öz düşüncələrin, fəlsəfələrin, ideolojilərin, yol xəritələrin, təriflərin bizə desinlər. Biz biraz bu cəhətdə hazırlanaq və dahillikdən acıdan çıxaq. Yol. Birinci parti Güney Azərbaycan İstiqlal Partisi Cənab-ı Salih İldırım cənabları təşrif gətirdilər. 6 gün burada huzurları oldu. 5 gün Milli Ərdəmli unvanını aldılar. Bir gündə Ən Ərdəmli. Ondan sonra Güney Azərbaycan Demokratik Türk Birliği Təşkilatı Başkanı gələcəyidir. Mütəəssifanə Əjdər bəy Təqizadə cənabları və onun həmkarları gəlmədilər. Mən dünən də mesaj qoymuşam, bu gün də mesaj qoymuşam, mütəəssifanə oxumur. Yəni əmdən deyirəm və oxumur, çünki WhatsAppda o hər nədir olsa onu görəcəkdir. Oxumur, bu günləri şeydən də qoydum, Instagramdan da qoydum ki, bəlkə özləri mənə bir şey göndərirlər, görsünlər ki, mən də göndərirəm. Yox, hər halda yenə dəvətimizi təkrar edirik, təşrif gətirsələr, programın axirində yenə onlara yer veririk, ən sonuncu parti olaraq eləyə bilərlər ki, bu nömrələri ki, 60 mənfi nömrə alıblar, onu aradan apararlar. Eyni halda bizim toplumumuz onlardan cavab istəyəcək. Yəni, mən bir nəfər olaraq istəmirəm burada. O insanlar ki, burada reaksiya göndərirlər, götürürlər, gəlirlər, o parti deyir, mənim bu imkanımdan istifadə elə, bu televizyon deyir, mənim bu imkanımdan istifadə elə. Bunlar hamısı o partilərdən cavab istəyirlər əslində. Bu tək İnsaf Əli Hidayətin deyil, yaxşı onu tamam, İnsaf Əli Hidayət deyil. Üçüncü parti Azərbaycan Demokrat Partisi tərəfindən Yunus bəy Şamil cənabları əlan huzurunuzdadır. Təşrif gətiriblər. Keçən 4 gündə, 3-gündə Milli Ərdəmli imtiyazın unvanını birindən alıblar və bir gündə Ən Ərdəmli, o gündə Sehriqani cənablarına bir nəqd də deməsək bir işarə elədilər. Onun üzrə Sehriqani cənablarına dəvət eləmişik. Bu gün və sabah da bəxtləri var, təşrif gətirsinlər. Mən burada adlarını görsəm, çağırıram, gələrlər içəriyə. Öncədən mənə xəbər də versələr, yenə də çağırıram, gələrlər. Hətta mənim fikir WhatsApp-ım da onlarda vardı. Yazsalar, yenə də mən gətirirəm. Yəni o şey daşımır. Mənə heç məhdudiyyət icad eləmir. İndi biz dünənləri cənabızla, cənab Şamili ilə bəhsimiz istiqlalda qaldı. İstiqlalın, siz hər halda tüm federalçısınız. Mən burada istiqlalı söyləyəcəm milli dövlətə. Cənabızdan milli dövlət soruşacağım. Sizin üçün milli dövlət sahibi olmaq önəmlidir, yoxsa rifah? Milli hakimiyyət olmaq sahibi olmaq önəmlidir, yoxsa rifah? Sualı başa düştüm. Bakın, bence bu çevrişi olmamak lazımdı. Yani sizce istiqlalda yap şeydi. Yani onu devam edin bence. Tamam. Çünkü milli devlet dediğinde hem biz federalistler ve hem istiqlalçılar her ikisi de milli devlet isterler. Yani milli devletin kuruluşunun taraftarıdılar bir türlü. Ona göre orada biraz karışar birbirine mevzu. Yani bilirsən də bu söhbətlərin hamısı aydınlıq üçündür daha. Biz yani bazı fərqli pərdələri açırıq ki, hər kim qulaq asır, öz fikri ilə və öz fikrini formalaşdırmağa yaxşı imkan tapsın. O deməkdir. Yəni birinə dəst vermək mənasına gəlmir. Bəlkə burada mövzunu yəni əyarlamaq, məlumat, lazımi məlumat, informasiya və bilim meydana gəlsin, yəni insanın fürsət tapsın ki, fikrin formalaşdırmada dərin fikir formalaşdırsın. Ondan ötürü. Yaxşı,
Ondan sonra sual milli devlet mühimdir veya rifah. Onda soruşaram ki sizin için istiklal önemlidir yoksa milli devlet kurmak? Rifah, üzülseniz. Rifah. Yok. Onu o sormayacağız onda. Milli devlet veya istiklal diyeceğiz onda. Yok, rifah. Rifah. Elbette ki devlet olmayınca ne rifah? Rifahı devlet kurar. Tamam. Ona göre ister istemez yani kategorize etsek de evvel devlettir, sonra rifahın kurulmasıdır. Ona göre birinci defa rifah kurulup sonra devlet kurulmaz ki. O bellidir cevap yani. Birinci defa milli devletin kurulması, ondan sonra onun esasında o devletin kök salması, gelişmesi, daimi olması, hayatta kalmasının garantisi rifahdır. Doğru. Şimdi eğer milli devletle istiklalı hangisini tutarsınız? Çok güzel bir sual. Yani buraya gələndə, yani çok mühüm meseledir bura. Yani indi iki tane teori vardır yani sahədə. Yani bizim elə Güney Azerbaycanımızda da bu veya İran'da Türklərin içində. Yani Güney Azerbaycan dediğinde mənə biraz kısıtlı olur söz. Mən baxdığımda Güney Azerbaycan İran'da yaşayan Türklerin en büyük bölümü, en mühim bölümüdür. Ama bir bölümüdür. Tamamısı değil. Bence Tehran, Çerez ve başka yerler var. Ona göre biz yani bizim stratejimizde 32 milyon insanın potansiyelin o stratejini ya o milli devletin kuruluşu ve demokratik haklarının elde etmesi. Yani bizim Türklerin iki stratejisi var. Bir, Azerbaycan'da devlet kurması. İki, Azerbaycan'dan harici İran'ın başka bölgelerinde Türk halkı farklı formalarda demokratik hakların elde etmesidir. O çok mühim. Yani iki strateji. Bizim təşkilatın strateji tarifinde de onun adı paralel stratejidir. Yani bir halkıdır. Ama bir halkıdır müəyyən duruma göre farklı iki strateji şeyindedir. Yani evet mücadiləsindedir. Yaxşı. İndi burada iki tane teori vardır. Birinci, acaba sual budur. Acaba milli devletin federal çerçevasında, yani milli devlet demeyek, deyək ki, milli müqəddərat da, əsas milli müqəddəratdır. Çünki milli müqəddərat gerçəkləşəndə o milli devlet elde olur. Milli müqəddərat gerçəkləşməyən. Yani milli müqəddərat dediğinde uluslararası hukuk meselesi. Bu hayati bir meseledir. Yani biz hukuk, yani bakın bir de burada bir pencere açım. Bizim siyasi analizlerimiz bugün, eləlxüsus 2. Dünya Savaşı'ndan sonra, eğer siyasi stratejimiz müəyyən derecede zemin hukukiye oturmursa, yani hukuki destek, yani uluslararası hukuktan ve iç hukuktan, ikisinden de almırsa, ilerlemesi zor, çok zor, çok çetin olacaktır. Ona göre o kadar ki mümkündür. Çünkü İran'ın içindeki hukuk bize destek vermiyor. Yani ne bu hukuk, ne de geçen rejimin yani Məşrutə İnqilabının anayasası. Elbette Məşrutə İnqilabının anayasasında da nece bir şeyler vardı. Mesela burada da bir şeyler yazdım ama yine o bundan çok yaxşıydı. O orada deyildi ki Azerbaycan bir iyalettir ve iyaleti özü idare etme hakkı vardı. Orada o resmiyeti tanınmıştı. Ama çok seviyesiz, yani aydın olmadan ama aydınlaştırılmıştı herhalde. Ama İran İslam Cumhuriyeti'nin kanun esasında heysat yoktu. Yani emelde heysat yoktu. Ama sözdü yani. Dilinəm gəlsin, o dilin yanında, dilin adını çəkmədən, xalqın adını çəkmədən eləyə bilər orada qeyri-rəsmi. Herhalde çok pis ve zayıf ve çok antidemokratik modeli vardır. Yani ona göre siyasi stratejinin gerçekleşmesine ne kadar hukuki destek varsa o kadar onun gerçekleşmesi mümkün ve o kadar onun gelişmesi yani elverişlidir. Ona göre ələlxüsus bizim mücadiləmiz milli mücadilədir. Bax, iki türlü mücadilə gedir bir ölkədə. İranda iki türlü mücadilə gedir. Demokratik mücadilə, milli mücadilə. Milli mücadilə dediğinde bu mənada deyil ki, demokrasini istəmirlər. Əlbəttə ki, biz İran'ın, bunu da burada deyim, İran'ın en yüksek ve en mühim sorunu demokrasi sorunudur. Niye? Eğer biz yani istibdadı indirip onun yerine bir demokratik devlet kurulursa o demokratik zeminde
sən həm milli haqlarına mücadilə edə bilərsən, qadınlar öz eşit haqlarına, işçilər ədalət üçün və insanlar azadlıq üçün mücadilə şərait yaradır demokrasiyada. Amma demokrasi olmayan yerdə sən milli haqlarda çalışa bilməsən. Bu da bu gün İran İslam Cumhuriyyətində demokrasi yoxdursa, məsələn, Türkiyədə bir fəza var da İranla müqayisə edəndə çox məsələn imkanlar var. O imkandan istifadə edib, məsələn, deyə də məsələn kütlə cəbr oturublar məclisə, parti düzəldiblər, mücadilə ilə də cəbr oturublar məclisdə filan bir şeylər istəyirlər. Fəza yaranır yəni. Amma istibdad olan yerdə heç şey yoxsa, iş görənməsən. Ona görə demokrasi İranda ən önəmli sorundur. Və siyasi mücadilədə, yəni milli mücadilədə onun zəminində oturur. Əsasən bugün milli mücadilənin çox yaxın İranda demokrasi qurulması ilə çox yaxın bağı və əlaqəsi var. Yəni, bizim teorumuzda İranda demokrasi qurulması milli, yəni İranda xalqların və ya bölgələrin öz müqəddəratını təyin etməklə çox yaxın, yəni bərabər bir şeydir. Yəni, bu öz müqəddəratını xalqlar təyin eləmə bölgələrdə həkim tapdıysalar, İranda demokrasi qurulmuşdur deməkdir deyə İranda. Bu şərait vardır. Ona görə biz indi bunu əgər sual fəqət biraz mekaniki formada əcəba federalizm sistemində milli müqəddərat təyin olub o istədiyimiz devlət öz bölgəmizdə qurula bilirmi və ya istiqlalda bu iş ola bilir? Bugünkü cavab budur ki, ikisində də olur. Yəni, burada da milli müqəddərat təyin olur üçün sən seçirsən də, zorakılıq deyil bu. Sən seçirsən. Yəni, siyasi ilzamatın içində seçirsən. Burası biraz zərafətlidir, bu doz 2 verirəm. Deyəndə istiqlal, çox sadə bir şeydir. Yəni, buradan şəsədlik ayrılacaq ya bir müstəqil, bağımsız bir dövlət quraqda. Çox sadə, bitdi. Amma sən onu seçəndə, yəni strateji seçəndə, strateji faktorların nəzərə almayıb strateji seçəndə, o strateji əməli olan bir, yəni əlverişli strateji deyilsə, sənin enerjin, potansiyelin məhv olur, aradan gedir. Yəni, qeyri-lazım yerdə sərf olur. O enerji gələcəkdir, potansiyeli yığışacaqdır bura, bir şey olacaqdır, bir şey əldə edəcəkdir. Ona görə bizim mübahisələrimiz istiqlal federallik format dəqiqən bu faktordan ötürdür. Əcəba yanlış siyasət, yanlış strateji, necə əcəba deyil, bu yanlış strateji nə qədər bir xalqın potansiyelin enerjisi. İndi məsələ bu da, hangisi yanlışdır? Çünki yanlış kəlməsini işlədəndə biri yanlışdır. Hangi faktorla deyirsiniz biri yanlışdır? Məsələn, onu indi gələcəyik. İndi onu, yəni, Davaşıq bugünün bəhsində elə ümid edirəm ki, oranı bizə daha çox açıqlaya bilək da, yanlış nədir, doğru nədir də biraz sözlər deyə bilək orada. Siyasi sahədə əlbəttə hər kəs nə düşünür, haqqı var, düşünsün. Amma zəmini siyasi, ya zəmini hüquqi, ya hüquqi dəstək ələl-xüsus üçün istiqlal məsələsidir. Hüquqi dəstəyin, uluslararası hüquqi dəstəyin olmayan yerdə buna baxaq tarixin təcrübəmə görə necə ola bilir. Amma gəlin əsli sual bir cavab verək, ondan sonra oraya yetişəcəyik. Əcəba milli müqəddərat federal bir sistemdə bərqərar olur. Federal sistemin tərifində deyir ki, bərqərar olur. Bu bir seçimdir da, bir xalq. Biz indi gedəcəyik, Azərbaycanda, məsələn, rejim yıxılacaq, biz gedəcək məclis quraq da Azərbaycanda. Bu son bəhslə gedək. Yəni, istiqlalı bu taraf gedək federala, federal bölümü ayrıdır. Orada mən federalını onda bu cür. Onda bəs bu cür cavab. Onda bu cür cavab verim. Deyim ki... Sorunu təkrar edeyim. Sizdə oradan kimi qısa cavab verin. Bunları yetişmək olmasın. Çünki bəxtimiz var. Bugün və sabah. İstiqlal önəmlidir, yoxsa dövlət? Milli dövlət. Milli hakimiyyət, milli dövlət. Mənim nəzərimdən hangisi ki əlverişlidir, doğrudur. Onun əsli cavabı budur. Tamam. Hangisi ki əlverişlidir deyəndə bu sözçü deyir, amma əlverişlidir. Yəni imkanı təhəqqüqü vardır. Hangisinin imkanı təhəqqüqü vardır, o düzdür. O sənin milli haqqı və milli dövlətin sənə verəcək. Hər ikisində dövlət var. Federalda da dövlət var və istiqlalda dövlət var. Formu fərqli, orada bağımsızdır. Burada başqaları ilə bir yerdə dövlət sürürsən. Yəni, yine özün seçirsən. Amma indi deyərsə, məsələn deyək,
bizim misal vermək üçün bir ayrısını misal vermək. Məsələn, Bəluçlar. İranda bilmirik 1 milyondular, 2 milyon bir cəmiyyətdir. Yaxşı, İstiqlal İranda desə, məsələn, Bəluçlar istiqlal şüarı versələr, şəraitə baxdığımızda da, bilirik ki, məsələn, ordunun bir tərəfini göndərəcəklər bir həftə, 2 həftə, 3 həftənin üstündə orada əzib tankçılardan geçidəcək xalq, bitəcək getib o şimdi alsa, Bəluç xalqı nə heç bir şey əldə etməyəcək, bir şey viranlıqla qarşı-qarşı edəcək, ömrü billah cinə zəlalətli yaşayacaq, amma desə federalizm, gələcək Kürd öz yanında görəcək, Türk öz yanında görəcək, yəni kimi öz yanında görəcək, bir potansiyel olacaq kimi ölkədə. Deyəcək, aha bu... İndi əcəba, məsələn, Bəluçlar deyəcəklər istiqlal, ərəblər də, türklər də, türkmənlər də desələr istiqlal nə olar? Qoyun, mən bir də siz bunu dediniz, mən sizə deyim, baxın, Bəluçlar deyəcəklər istiqlal, türklər deyəcəklər istiqlal adında bir şey yoxdur. Türklər, indi deyirəm. Fəqət türklərin, aktivistlərinin, bax, dünən dedik aktivistlər 1-5%, 5% cəmiyyət olur. Fəqət türklərin, bu aktivistlərin bir bölümü istiqlalçıdırlar. Bəluçların o 5%-dən bir bölüm istiqlalçıdırlar. Yəni 95% buna ait deyil bu siyasətə. Yəni siz deyirsiniz ki, bir toplumun 5-3% məsələn, hamısı ki demir. İndi Bəluçların ən mühüm təşkilat, tanınmış təşkilatı Hizb-i Mərdum Bəluçdur. Yəni təqribən çox ciddi tanınmış bir səviyyədə fəaliyyət edirlər. Və federalistlər bizdən bir işbirliyindədir. O Kongre Milliyyətə İran Federalının aktiv ünsürlərindən biridir. Yəni, şeyə gələndə, ərəblərə gələndə ən tanınmış təşkilatı, federalist təşkilatlar, kongrədə vardılar, tanınmış bir təşkilatlar və yəni çoxdan dolardı. İndi onların içində istiqlalçı var, balaca təşkilatlar. Amma yəni bir bölümü, Azərbaycanda, diqqət edin burasını, fəqət Azərbaycandadır ki, istiqlal təşkilatların sayısı çoxdur. Mən soğuşdum, Kürdlərdən də soğuşdum. Ama bu bir həftə bundan qabaq bir iclas var kongrede. Bəluçlardan da soğuşdum istiqlal. Bəluçlarda iki tane istiqlal təşkilatı var. Kürdlərdə bir istiqlal təşkilatı var. Ərəblərdə də bir istiqlal təşkilatı var. Azərbaycanda 12-13 bəlli də, bəlkə 12-13 tane təşkilat var. Bu yəni göstərir ki, Azərbaycanı biraz özel araştırmaq lazımdır. Yəni siyasi araştırmaq lazımdır. Məqsud bunu deyim, sizin cevabınız odur ki, deməyin Bəluçlar istədi ərəblər, bu düz söz deyil. Necə ərəblər? Ərəblər hamısı, mesela Türklər hamısı istiqlal istədilər. Ki ərəblərin hamısı istiqlal istəsin. Bir bölüm Cənab Şamil, o dəlil olmaz. Onda mesela Türklər hamısı federal istəmir. Farslar əslər istəmir. Mən dedim də, yox, dəqiqən. Elə odur da, hamı federal istəyir, yox istəmir. Məlum istəmir hamı federal. Amma hər millətin hamısına müraciə eləməzlər ki, hər millətin öncülləri, yəni liderləri, düşüncə sahibləri fikri aparar qabağa. Millət onu sərbaz kimi gələr. Ordunun sərbazı kimi olar. Baxın. Siz Azərbaycanda dedik ki, gəldik, bu yıxıldı bu rejim. Gedirik, bir seçim olar, hakimiyyət qurmağa seçim lazımdır. Yəni xalq bir məclisə rəy verməyincə, səs verməyincə, bir məclis qurulmayınca, o məclis hakimiyyəti seçmincə hakimiyyət adında bir şey tanınmaz, heç də olmaz. Yəni o bir şey olmaz. Quruhi siyasidir, mən istiqlal. O müddətdə keçici dövlət qurur. O keçici dövlət bir şeydir, yəni hakimiyyətdir. Özdə bir müsəxsəs ideoloji ilə gəlir hakimiyyət. Yox, legal hakimiyyət deyil. Legal hakimiyyət fəqət məclis qurulandan sonra olar. Legal hakimiyyət, yəni sən gedəcəksən hər halda bir seçimə. 3 ay, 5 ay, sən gedəcəksən seçimə. İndi o seçimdə ya azaddır, məsələn bir qurulun qələbəsi çalsa, o bizlər əzəcək, fıraracaq, cəngi daxili salacaq, qoymasın gəlsin məclisə. Onda yəni iç savaşı çıxacaq. Əgər yox desən ki, tamam məclisə hər kim gəlsin, iştirak eləsin, hizblər gəlsin, iştirak eləsin, o məclisə nə qədər istiqlal seçiləcək. Yox, qoymayın, bir dəqiqə. Mən deyirəm ki, bizim danışığımızda, bizim danışığımızda bu mənada olmasın. Bax bu deyir, hamı federalistdir, hamı istiqlalistdir. Bu cür bir şey yoxdur. Bir İran, bu cür Azərbaycanın özündə bu cür var. Bəlli deyil ki, bunun nə qədəsi mərkəzlidirlər. Bəlkə yarısı mərkəzlidirlər. Bilmirik biz bunu.
onları biz bəhs eləmirik ki, biz indi Azərbaycan Demokrat Partisinin düşüncəsi bəhs edirik. Dürəm. Tamam, Yox, bir mənzur. Çünki o birisi tərəfə atlayanda çıxırıq, onların tərəfindən danışmaq istəmirik. Cənabınızdan əsl istəmirəm soruşuram ki, məsələn, istiqlalçılar nə düşünürlər, İrancılar nə düşünürlər, Bəlçilər nə Yox, mən ola istəmirəm deyim. Qavramları düzgün istifadə edilməm. Yəni cümlə işi gətirir ağzımıza müstənəd cümlə. Demə olmaz türklər istiqlalistlər, ya türklər federalistlər. Bəlkə deyək ki, Türk toplumunda istiqlaliyyət məfkurəsi vardır və federal məfkurəti var. Bunların nə qədər tərəfdarı var bəlli deyil. Ona görədir ki, biz bu günləri oturmuşuq, mübahisə edirik, danışırıq, görək nə etmək, nə əlverişlidir deyə. İndi qeydək əsli sualımıza. Sizin sualınızı deyim bir də. Ərz edeyim ki, indi mən nə istəyirəm? Mən cənabınızdan qısa cavabları istəyirəm ki, eləyə bilək gedək qabağa. Çünki biz həm bəhsə giririk, həm də ki, çox uzun gedirik. Misalcaq gətiririk krallığın içində. Tamam. İstiqlala indi cənabınız bir teorisyen olaraq. Qıraqda durmuşsunuz, deyirsiniz ki, bir iddia adam istiqlalı istəyir. Mən istəyirəm ki, istiqlal əlverişlidir ya yox. Bu sualı, bu fərzinə cənabınızdan sual soruşuram. Federalçısınız, amma bu fərzinə. İstiqlalı əldə etmək üçün ən önəmli və lazım olan işlər, şeylər, vəziyyət, durum nələrdir? İstiqlalı əldə etmək üçün. İstiqlalı, yəni mən cavablarımı vermişəm, amma indi sən biraz elə cəmbətdir edeyim. Yəni ki, istiqlal İranda əlverişli deyil birinci aşamada. Sonraki aşamalarda mətrə ola bilər. Mən də özüm də onun yolunu göstərmişəm. İstiqlalçılarla federalçılar necə birlik əldə edə bilərlər, yürüyə bilərlər bir hakimiyyətə ki, orada anayasaya istiqlala hüquqi dəstək yazsınlar. Yəni anayasaya geçsinlər ki, bölgələrin ayrılma de facto haqqı rəsmiyyətə tanınır. Yəni o məclisin %51'in əl-əbusat əlimizə, yəni biz yox da demokratlar İranda, Türklər, Kürtlər, Bəluçlar və mərkəz demokratlar. Yəni federalistlər əl-əbusatlara %1, orada hüquqi dəstək şey kimində, dəqiqən necə Əraqda bu iş olubdur. Olsa, oraya geçsək, ondan sonra biz necə tapaq? Biz istatüse ki, sizin Kanada'nı taparıq, ya Ərağı taparıq ki, bir şəraitdə Azərbaycanın məclisində referendum layihəsi gəldi bir hizb tərəfindən istiqlalçıda, bu qanuni bir istəkdir. Buna dayanmaq lazımdır, odaqlanmaq lazımdır, bir iş lazımdır. Hər halda bir gün, yəni şərait müsaade olduğunda bir referenduma geçmək olur. Amma bizim indi söhbətimiz budur, sizin sözünün cavabında. İstiqlal şuarı bugün Güney Azərbaycan üçün nə əlverişlidir, bax, xülasəsini deyirəm. Çox farklıdır, nə əlverişlidir, çox da zərərlidir. Baxın, həm deyirəm əlverişli deyir, həm zərərlidir, çox zərərlidir. Bizim siyasi gücümüzü, yəni yasa dışı istiqlalçılardan danışırıq, yasa dışı istiqlal istəyənlər. Mən dediyim istiqlal, yəni yasa yolu ilə istiqlal alanlar yox. Yasa dışı istiqlal, yəni bu gün nə deyir ki, rejim köçdü, sabahlar istiqlal elan eləyər. Bunlar məsələdirlər. Azərbaycana problem, yəni Azərbaycanın problemlərini çoxaldacaqlar. Həm də çox çoxaldacaqlar. Eyni halda dünən nəsə, bir dəqiqə bunu deyim. Dünən mən sizə dedim ki, orada hətta bizim topraq itirmə, çox geniş vasitədə topraq itirmə və hətta Kürtlərə, o ilhaq tələb Kürtlərə bu mücadilə, istiqlal şuarı Azərbaycan qərbinin tuzmasına, onu əldən verməsinə belə şərait yaradırlar. Elə bir həssas durumdur. Biz İranda ta o zamana da ki, ən yüksək gücü əldə etməmişik milli həqləri əldə etmək üçün və o zamana gələn ki, hüquqi dəstək bu istiqlal üçün düzəl bir qanun əsasda, anayasada bu iş içəri hüquqda. Bir dəqiqə, bir cümlə. Yəni, okey, mümkündür bir indi qulağısa, mümkündür ona qulaq asmayıb, ona görə deyirəm. Yəni, baxın, məncə iç və diş hüquqda dəstək olmayınca bir strateji, istiqlala fəqət, istiqlal, o imkanı əməl olmağı yoxdur. Federala da
şükrüdür. Federala da olmasa ona da heç Asla, asla elə deyil. Asla. Durun bakın, bir dakika. Federalizmə əsla onunla dəxli yoxdur. Federalizm İranın içində gerçəkləşəcək. İranın iç hüququna mərbutdur. Ona da hüquq yoxdur. Şəxsən federalizm ola bir də bizim təcrübəmiz tarixdə bunu göstərir. Gedir yazaq da. O gedir. Gedir yazaq da. Gedir yazaq istiqlal da. Niyə gedir bir də hələ federal yazaq? Bax yine onu təkrar edərsiniz. Qulaq asın. Tamam. Biz İranda qulaq yox bu cümləyə cəhdiyəm. Bax İranda biz federalizm qanunu yazmağa xarici dövlətlərin təyidinin ehtiyacı yoxdur. Yoxdur. Əslən müdaxilələr yoxdur. İç hüququnda, yəni qanun əsasında federalizm yazısında xarici dövlətlərin heç müdaxiləsi olmamağa gərəkir. Amma istiqlal deyəndə xarici dövlətlərin hamısı gələ təyid eləyər. Yerdən görəndə bunun fərqi var bir-birinə. Can Şamili, dünənləri mən onu ərz elədim ki, onun vaxtı bir dənə rejim dağılır, onun hüquqi statüsü, siyasi statüsü aradan gedir, dünyada friz olur rabitələr. Bu rabitələr müntəqil olur, sonra o toplumda nə ittifaq düşəcək ona. Yəni hüquqi və siyasi ittifaqlara düşəcək, dayanacaqdır. Bunun üçün sizin buyurduğunuzu mən hüquqi olaraq qəbul edə bilmirəm, şey də olaraq qəbul edirəm. Amma yox, icazə versin mən bir daha icazə versin bir dəqiqə. Bir dəqiqə olsun. Bir dəqiqə ilə zərər eləməzsiniz. Bir dəqiqə ilə zərər eləməzsiniz. Bir dəqiqə dayan, baxın. Rejim aşan ərəfə siz elə bir cür davranırsınız ki, deyirsiniz ki, yəni yangından mal qaçırma deyirlər Türkiyədə ona. Yangından mal qaçırma. İndi rejim yoxdur, getdik dövləti qurduq. Baba, zehniyyət oradadır və hüquq var. Beynəlmiləli orqanlar, tamam hüquqi beynəlmiləl orada gözlənir. Mərkəzdə bir İranda bir dənə dövlət qurulsun. Onun yeri var Sazman Millədə. Hər şey amadədir. Tarihi var, tarihi. Tarih var orada. Sən deyirsən və rejim yıxıldı, onda 50 daha dövlət çıxacaq onun içindən. Cavab Şamili, tarix bunu bizə deyir ki, Sazman Millədə o cür bir şeylər dixalət eləməz və danışmaz da. Güclər qonşu danışaqdan danışa bilər, amma beynəlmiləl qanunda deyir ki, sən deyirsən, mən dövlətəm, onu gətirsən Sazman Millədə, dövlətlər qəbul edəcəklər, yavaş-yavaş eləyəcəklər. Oldu, nə deyirlər? Oldu, bitdi. Oldu, bitdiyə gətirəcəksən. Amma buradan keçək. Baxın, indi görün, nərz edirəm. İçinə də yangından mal qaçırdınız. Yangından mal qaçırdınız, amma gedər. Diqqət buyurun, 43 dəqiqədə bir sualda danışırıq. Lütfən. O sözlərdən, qəşəng sözlər danışmışıq. Yox, qəşəng. Yəni, amma dünən də danışmışıq, İsrail gündə danışmışıq. Dünən nə bir söz dedik da, əl-aqilə bir işarə yetərdir. O əsasda danışırıq. İkrar oldu, indi bax. Bizim tamam. 4 gündə olur. Devam edək. İstiqlal. Sizdən bu sualı soruşdum. Siz əslində cavab vermədiniz. Siz bir teorisyen olaraq qıraqda durursunuz, deyirsiniz 2 dənə hərəkət var, 5 dənə hərəkət var. 10 da hərəkət var İran çərçivəsində. Amma biri bunlardan istiqlaldır. Mən baxıram görürüm ki, istiqlal hangi şəraitdə ola bilər? Bunu təhlil et, analiz edirsiniz, tərəfsiz. Acaba siz bunu İstiqlal o zaman ola bilər ki, istiqlal o zaman ola bilər ki, hüquqi dəstək, iç hüquqda və dış hüquqda, xarici hüquqda dəstək olsun. Bizimkin də bizə yetirəndə, İrana yetirəndə nə iç hüquqda, nə dış hüquqda heç birində dəstək yoxdur. Birində olsaydı ki, nə deyərdik var. İkisində də yoxdur. Tamam. Dostlardan, partilərdən mən gördüyüm 4 partinin, əgər səhv eləmirsə, 4 partinin liderləri əlan otaqda oturublar. Hətta Salih bəy bir uzun bir şey, Salih Kamran'ın cənabları uzun bir şeydə yazdılar. Orada ki, bəndçilara görə siz bir şey buldunuz, onu burada bir islahiyyə gətirdilər. Yazıbdır, mən oxuyayım ikisini. Calibdir ki, hüquqi işarə buyurublar. Onu mən itirdim mən. Oxuyayım. Hə, Calib bir mövzulara işarə ediblər. Mən ona əgər tapa bilsəm, oxuyayım. Buradan Calib idi. Gördüm, oxudum da. Bəli, gəldi. Bəluçların və ərəblərin ən önəmli partiləri ki, ibarət bir Rəcəb və Hərəkət-i Nəzaldan hər ikisi də haqqı təyin sərnövişi siyasi istirlər ehtimalən, istəyirlər və zəif partiləri da federalçılardır. Bunu yazıblar. Ondan sonra da bir şey də burada əşarada yazıblar ki, onu görsəm, o da hüquqi zəmini yazıbdır ki, Salih bəyin o ikinci yazısında görsəm, İranın indi iç hüquqi federalizmi də qəbul etmir. Tamam.
Bu da bu. Güzel. Yani Güzel. Koyun biz buna bir fırsat verin bize. Bize bir fırsat verin. Salih Bey'in yazısına. Biz bugün birinci derecede İran'ın iç hukukun, federalizmin istemiyoruz ki. Biz bu rejim aşandan sonra siyasi gücü elde edip gelecek hakimiyetin kurucu meclisinde, müessis meclisinde güçlüce huzurumuz olmalıdır. Ve federalizmi oraya geçirmemiz. Neyince büyünün kanun esasına. O bir. Hukuki sistem freeze olur. Siz taza bir hukuki sistem yaradırsınız. Dünya onunla mübaşət edəcəkdir. Ya federal yaradın, ya istiqlal, 5 tane istiqlal yaradın. Düzdür. Bak. İç hukuk değişecektir. Rejim değişenden sonra dış hukuk, uluslararası hukuk değişilmeyecek. Yani bu hukukun iç ve dışında dış kolu sabittir. İçte değişilecek. Yani rejim akandan sonra federal sisteminin kurulması cevap. Bir dakika. O söz ki burada yani Salih Bey yazıblar, bu iki tane partiyanın adını yazıblar. Onlar ikisi de İstiklalcı partiyanın biri Bəluçdur, biri Ərəbdir. O hemen Nizal grubu o idi ki silahlı uzun yani ittiham oldu, bilmirəm indi qəbul eləmədilər və çox böyük problemlər oldu. Holanda onların məsullarını tutdular. Yani o əməliyyatdan ötürü. Yani İstiklalcı bir tane grupdur. Və Raçi Tapaki da o adını düz deyirəm, yox bilmirəm. O da Bəluçların təşkilat qrupudur. En büyük grupudur, en çiğ grupudur. Onu mən təsdiq etmirəm. Çünkü mən ayrı Bəluçistan'da Hezb-i Mərdum Bəluçistan var ki çok güclü ve çok erdemli bir partiyadır ve Bəluçların azadlığı. Onlar bizim bəhsimizə çox ilgisi yoxdur. Yok, orada yazılıb da sual verdim. Bir de yazıbdır ki, yazdım. Hukuki beynəlmiləl həm federalizmi və həm də istiqlal haqqını qəbul edir. Yani her iki hakkı siz ya elam istiqlal edin ya elam federal edin. Her ikisini de beynəlmiləl hukuk qəbul edir. Sazman emirlərdən danışmırıq, hukukdan danışırıq. Hər halda bu bəhsdən keçək general, yani çok önemli bir nəzərdir. Bu söz, benimce bu söz ki istiqlalı qəbul edir bu cür hukuki beynəlmiləl. İstiqlalı qəbul eləsə o ölkələrin toprak bütünlüğü ülkəsi haracıdır onda. Onu dünən ərz elədim ki, biz bir milyonluq xalqla tərəfi, milyon xalq üçün, yəni onun müqəddəratı təyin üçün ən həzinəsiz, ən az bədəllə maliyyət da bir yoldan geçməli. Çox ağır yoldan geçməliyik. Yəni heç zadı toğcu ilə, yəni mənə yaxın olsun, bir deyim, uysun, biz məsuliyyət daşıyırıq. Milyonlar insanlar, 100 bin insanlar bu işin içində insanlar ölecek, insanlar canlarını itirecek, insanlar yaşamını kaybedecek. Biz bilmiyoruz burada ne olacak. Bizim görevimiz siyasi olarak düzgün, en düzgün yolu, en az hazine ile bir halkı öz məqsədini çatdırmaqdır. Ona göre beynəlxalq hukukda o ilçe ki var dedim, adım ölkələrin toprak bütövlüğü ilçesi, o ilçe değil ki bu ölçe, o ilçenin, o birisi ölçenin ayrılmasına izin verməsin. Yani desteklemesin. Ona göre bu düzde ikisi de vardır. Yani ne demek ikisi de vardır? İstiklaliyet sözü arada vardır. Tamam. Arz edeyim ki eğer suallara kısa cevap verirseniz. Mesela her arasında bir değgi yok. Çalışarak. Kimi daha? Neydi o Avrupalılar? Siz de bahsediyorsunuz. Ben de biraz yani benim beynimle yani özü çatınız üstte de. Ben de bir şey var. Tamam. Neden ve hangi sebeplere göre bugün İran'da Türklerin, bugün o İran adlanan yerde Türklerin ya hatta Azerbaycan'ın istiqlalı yoktu. Niye yoktu? Geçen məşrutədən heç olmasa bu günəcən buna savaşıblar. Ölü veriblər, qətlam olublar. Şeyx Məhəmməd Xiyabani gəlibdi, Pirsəvəli gəlibdi, Şəriət Müdarı gəlibdi və gəlir hələ. Biz nədən istiqlalımız yoxdur? Bizim kurucu babalarımızın becerisizliğinden, bilmezliğinden, anlamazlığından, bizim 1000 ildir bu ülkede, bu topraklarda devlet sahibiyik. Orada devlet sahibi olan, 1000 il devlet sahibi olan o devleti saxlayabilmeyen bir ayrı devletin iktidarını vermeye, bu tamamen kökünden becerisizlik, bilmezlik ve hatta bu millete bir xiyanət sayılır. Necə yani burada
milləti tapşırıb da fars dövlət təbliğ edir özləri. Ondan sonra bu millət yazıq millət ki, əlində gücü yoxdur, neydi? Siz dünən əvvəlki gün bəhsizdə millət söhbət Qacarlardan, hakimiyyətdən gedir, Səfəviyyəcəm. Yəni ondan qabağacam da. Amma çünki biz yapışaq Səfəvilərdən bu yana, çünki Səfəvilərdən bu yana daha çox bu dövlətçilik, yəni bu sınırlar, yeni dövlətçilik falan ələl-xüsus Qacarlarda. Rəsmən apabla dövlət verib onların əlinə dilin rəsmi, fars dili rəsmiyyət işləyiblər. Siz ki federalizmin arxasından, onlar bir federalizmə vilayət qruplar. Neynəsinlər də bundan yaxşı neynəyəcəkdilər? Qanun qrupu. Yasal zəmin yaradıblar, amma siz istədiyiniz sistemdə görürük ki, işləmir də. Burada bir dənə diktator bu sistemdə yəni Qacar dövrünü baxın, siz biraz baxın, siz yine fəqət yalnız ideolojik rəftar edirsiniz tarixinə. Tarixinə ideolojik rəftar olmaz. Biraz gəlsək, baxın Qacarlar federalizm veriblər filan, bu bir şey yoxdur. Bakın Qacarlar Türk dövlətidirlər. Bu hakimiyyəti Türk dili, İran devlətinin birinci dili olmalıydı. 400 yıl ondan qabaqdan, 400 yıl ondan qabaqdan. Bir 400 yıl bir dil, bir dövlətdə rəsmi olsa onu bir dəfə dəyişə bilər. İndi keçən 100 ildən icazə verir. Məhrusə Qacar deyəndə, yəni bu bir dana məmləkət deyil ki, rəsmi dili bir dana dil ola. Yəni burada hər məmləkətin özünün dili var. Özünün məmalik Məhrusə Qacar. Hani dildi, var dili. Var dili. Məmalik Məhrusə Qacar. Məmalik Məhrusə vardı, dili vardı. Hər məmləkətin özünün dili var. Məmləkətlər deyir. Demir ki, mənim dilim ya mənim məmləkətim. Bu hətta bugünkü federalizmdən üstədir. Amerika federalizmdən məncə, məsələn, pul ixtiyar var. Baxın, Ərəbistanın pulu var, Xorasanın da pulu var, Azərbaycanın da pulu var, hətta Tehranın da. Mən keçən həftə, 2 həftə bundan qabaq, Tehranın pulunun üstündə yazıb Tehran, Azərbaycanın üstündə də yazıb Azərbaycan, Xorasanın üstündə yazıb Xorasan. Yəni ki, burada bir zaman hətta bugünkü federalizmdən üst bir idari sistem var orada. Amma İndi bak, indi qulaq. Bir dəqiqə mən tuturum. Burada gətiribdir yasal, sizin dediyiniz dilindən danışıram. Yasal bir zəmin yaradıbdır, atmosfer yaradıb ki, ağa, qanun əsasında bura məmalik Məhrusädir, bura iyalət, vilayət şəklində idarə olunacaq. Hətta Rıza Şah gələndən sonra 2013-də 5 dana ustan var. 2010-da yendirilir 10'a da olur ustan 1 ustan, 2 ustan, daha 10. ustanacaq. Yəni şeydir, 4 dana ustan da əvvəldə. Rıza Şahın əvvəlində 4 dana ustan deyir özü. Yəni 4 dana millətə bölünür. Hətta Rıza Şah mənə bax verirsiniz. Yəni baxın, qulaq asın. Bax, mən sizə deyirəm, siz biraz yəni millətə zülm eləməklə məşğulsuz indi bu cümlələrlə. Yəni istəyirsiniz öz ideolojik istiqlaliyyəti təsbih edək. Mənim növbətimdir. Bir dəqiqə. Baxın, istəyirsiniz ideolojik istiqlaliyyəti ispat etmək üçün tarixi təhrif edirsiniz ki, millətə deyəsiniz bizim federalimiz var idi, federal bir iş görənmədi, gəl istiqlala gedək. Halbuki istiqlala federal dəxil yoxdur. Amma Qacarların divan dövləti, İran dövləti rəsmi farsıdır. Fars dilindən çox aydın istifadə olmuyor İranda. Amma tək dil deyil, çox federalizm. Tək dil deyil. İttifaqən tək dil biz buraya getiribdir. Yox, dilimiz biridir. Dilimiz biridir. Məsələn, baxın, Kanadada Fransəlilərin iyalətinə biz gedəndə, mən çox gedirdim da bir zaman. Yəni həftədə 3 dəfə gedirdim mən Quebecə. Biz ora gedəndə bəzi yerdə İngilisi danışsa cavab vermirlər. Yaxşı, cavab o, baba, siz indiyin Kanadası ilə 150 bundan qabaq İran'a bərəstirirsiniz. Lütfen, İranda mədrəsə 100 il bundan qabaq başlayıb. Lütfen, baxın, qoyun xalq qəzavət eləsin, küfkəsin Qacar federalizmiymiş, indi biz istiqlal geçsək xoşbəxt olacaq. Keçək o 100 suallara. Tamam. Siz istiqlala alternatif tanır mısınız? İstiqlala alternatif, əlbəttə ki tanıyıram. Əlbəttə İstiqlalın alternatifi bu anda zərurətlərə görə, hüquqa görə, əlverişliliyə görə federalizmdir. Nədən hangi dəlillərə, əməli, imkanı dəlillərə bir dəqiqə, federalizm istiqlaldan çox əlverişlidir. Hangi səbəblərə görə? Çox gözəl bir sualdır.
Elə bir Bəli. gözəl sual verdiniz ki, yəni manşet ola bilər sizin sualınız. Onun dəlili budur ki, dəlili əsli əlverişliliği. Niyə? Federalizmə xarici dövlətlərin təidi rəddi heç dəxli yoxdur, ola bilər. 2. Federalizmə 30 milyon türkün potansiyeli ilə gedəcəksən. Halbuki istiqlala 10 milyonun potansiyeli ilə. Federalizmə... Niyə? Bir dəqiqə sözlərini quturmayayım. Sözlərini quturmayayım. Sözlərini quturmayayım. Yox, sözlərini quturmayayım. Tamam. Bir dakika bak, benden soruşursun, koyun 3-4 tane delil sayın, burada 10-15 tane delil var. Ama koyun 3-4 tanesini sayın, ondan sonra yani federalizme antipati yoktur. Halkalar içinde hamı istir. Merkezde demokratlar istir. Merkezde faşistler istemir. Ama güçlü bir daha potansiyel var federalizme. Güç elde edip ve merkez faşist cereyanın karşısında çok güçlüdür. Çok güçlüdür. Onun karşısında durma olar. Ama İstiqlala antipati var, ziddiyet var. O ziddiyeti siz dünən təyid etdiniz. Nə dediniz, təyid etdiniz? Dediniz ki, onlar ki federalistlər bilirlər istiqlal desələr olmaz filan beyman, ona göre federalistliklə İranda. Yani istiqlalı o ziddiyet üçün, o şəraitin acılığı üçün təbliğ etmək olmaz. Bir stratejinin təbliğ etmək olmasa nəcrun əldə etmək olar bir xalqın içində. Özü sonra dünən təyid etdiniz. Ona göre istiqlal məsələsində xarici dövlətin təyidi tələb olur. Federalizmə xarici dövlətlərin heç müdaxiləsi əsla tələb olunur və onlarca bu cür faktorlar. Və mən dedim, istiqlalda biz toprak da itirə bilərik. İtirə bilərik yox. Yəni, indi dünən Nərbiyaz İbrahim İsracı münəbbat düşünmüşəm. Toprak itirik, ondan üçün mərkəz faşizmlə kütlərin itilhaq tərəf düşündə bir yanda olub, istiqlal cərəyanı adı Azərbaycana yəni, hərbi, əskəri hücum gətirə bilərlər və biz bir toprak itirə bilirik. Ona görə federalizmdə biz toprak itirmərik, heç toprak əldə edərik, daha çox toprak əldə edərik. Bu faktorlar bu gün üçün yetər. Tamam, mən də ərz edeyim bunu xidmətinizə. Əvvələn mərkəzdə demokrat mərkəzi əvvəl gündə soruşdum, yoxdur. Yəni deyə bilmirsiniz ki, İndi danışmırıq ha. Baxın, indidən danışmırıq. Qurulan, gələcək qurulanda istirik olaq. Tamam. Yəni indi deyirsiniz ki, gələcək qurulan dövləti qaçmır. İstiqlalçılar 10 milyon Azərbaycanlı ya Türkçülə gedəcək, amma federalçılar 30 milyon. Niyə məsələn istiqlalçılar 30 milyondan gedə bilməsinlər, federalçılar 30 milyondan getsinlər? Azərbaycanda 30 milyon adam yaşayır. Yox da kollən niyə getməsin? Tehran Türkiye deyəcək Azərbaycan istiqlala getsin. Niyə deməsin ki? Məhv olacaq orada bu xatir ki. Azərbaycan ayrılsa, Azərbaycanın 10 milyonu ayrılsa, o 20 milyon ki o yanda yaşayıb məhv olacaqlar, əziləcəklər, təhqir olacaqlar, üstlərinə traktor yeridəcəklər. Deyəcəklər, sizlər məmləkət tərcih elədiniz. Onları əzəcəklər. Onlar müxalif olacaq. Ona görə Tehran türkləri, mərkəz türkləri bu istiqlal şüarından qətiyyətlə müxalifdirlər. Çünki onlar əziləcəklər və çox təhqir olacaqlar. İkinci, qəbul eləmirəm əlbəttə. Çünki, məsələn, bizim qəbul eləməz gündə, bizim eşidənlərimiz qəbul eləsin. İstiqlalçıların şeyi budur ki, Tehran, Kərəc, Qum, Azərbaycanın bir parçasıdır. Yəni, Azərbaycan görürlər. Və Azərbaycanın parçasında saxlayacaqlar. Onu istiqlalçıların bir çoxu belə düşünür. Yəni, istiqlalçıların Tehran'a da ayrılır. Yox, Tehran Azərbaycandır. Tehran Azərbaycan. Bax, indi bu sözü deyirsiniz. Baxın, Hidayət bəy, lütfən. Bu sözü deyirsiniz. Bu sözü farsça deseydi ki, Tehranda olanlar bilsinlər, da Tehranda olanlar bilsinlər ki, Azərbaycanın bir yerində oturup bir nəvə, iki nəvə danışır. Deyirlər ki, Tehran Azərbaycandır, biz istiqlalda Tehran'a da ayrılacaq. Nə deyirlər? Nə deyirlər bizə? Deyirlər ki, sağ olun, 70 milyon, burada 17 milyon adam vardı. Bizi də adam hesabladı, Azərbaycan ise biz də Azərbaycan yoxdur ki. Bilirsiniz, nə qətti bu gerçəklərdən uzaq bir düşüncə gətirsin meydana və bizə sədmə vurur. Bizim hərəkətimizin ciddiyyətini alır. Bizim hərəkətimizin ciddiyyətini bizdən alır. Biz yerə ayağımızı möhkəm yerə qoyaq, möhkəm. Tehran Azərbaycandır, böyle zarafat kimi bir şeydir. Özünüzə gəlir, deyirsiniz ki, indiri danışmırıq, gələcəyə danışırıq. O zaman ki, Tehran'a Azərbaycan ad koyma, bu da Tehran durub orada da. Bizim indi burada Türklər var da Tehranda yaşayırlar. Gedin onlardan soruşun, deyin Tehran Azərbaycan, biz de oranı istiqlala yetirək. Görün o Türklər sizə nə deyərlər? Deyirlər, bu sözü ağza gətirmək bizim hərəkətimizin ciddiyyətini almaq deməkdir. Zarafata qoyarlar namı. Şimdi niyə?
Ora Tehran bir Fars-Türk şəhəridir. Ora bir iki dilli rejim lazımdır. Tehran çərəcək. Biz bunu istəməliyik. Azərbaycan Tehranı istiqlal edəcək. Bunu niyə bu? Bunlar ciddi sözlər. Bax, Hidayət bəy. Mən deyirəm ki, lütfən qeyri-ciddi sözlər danışmayaq. Zərəri var bizim hərəkətimizə. Etibarı xisətmələr. Bizim hərəkətimiz, biz çox möhkəm sözlər danışmalıyıq. Elə sözlər danışmalıyıq ki, o qolu fasla deyir, la dərs nədir? Sən qəşə bilərsən ola. Söz on la dərsinə getməsin. Mulay dərsləşlər. Mulay dərsləşlər. Dəqiqən, mulay dərsi getməsin. O cür sözlərimiz lazımdır. Möhkəm olmalıyıq teorida. Gerçəkçi olmalıyıq. Realist olmalıyıq. Yoxsa şuarla dünyanın heç yerində, tarihin heç yerində şuarla, yəni bu duygusal hərəkətlərlə zərərdən sonra heç zət verməz bizə. Hani bir daha ciddi adam bu sözü eşit. Yox, bak burası mühümdür mənim nəzərimə. Tehranın türkləri sizin bu sözü eşitsələr, Tehranın türkləri yazırlar. Burada yazırlar ki, Şamili cənabları iştibah edir. Yazır mən Tehrandan. Tehranın türkləri bu işi eşitsələr, mən sizə deyim. Yəni bizim etibarımıza çox ciddi Azərbaycan, hətta Azərbaycan hakimiyyəti qurulmağına zərər var. Ona görə. Cənab Şamil, mən təhsilimi orada eləmişəm. 10 ildə orada yaşamışam Tehran'da. Təhsilimi də orada eləmişəm, işimi də orada işləmişəm. Mən orada türkçülüğü və Azərbaycançılığı, Təbrizdən ciddi görürəm. Mən özümü deyirəm. Mənə qulaq as, mən o bilirəm, türklər, mən də bilirəm orada var. Amma Tehran Azərbaycandır və istiqlal tapacaq. Tehran Azərbaycandır və müstəqil olacaq. Yəni Təbrizlə bir yerdə, Təbrizlə Tehran ayrılanda mərkəzimizlər olacaq. Hər yer eləsə, iradə eləsə. Yox, paytaxtımız olacaq. Əhəd paytaxt eləyər. Qərar dəyişir, onu paytaxt eləyər. Yox da, əhəri paytaxt eləməyək da, siz seçin, Tehranı paytaxt eləyək onda, ya Təbrizi. Bakın, Tehranın özünün paytaxtı çoxdan deyirlər, oradan gedəcək. İsfahan yaşayıraq. O Tehranda bu Haşimi Rəfsəncanın dövlətini o mətrəhdir. Amma biz, məsələn, Kanadada federal dövlət aparıb Ottaviyanın indi fələn yarım milyon cəmiyyəti var. Toronto ki 6 milyon cəmiyyəti var, paytaxt deyil. Bu qərar deyil ki, məsələn, biz aparıb əhərə. Nə olur? Məsələn, paytaxtda əhərə qoyacaq, məsələn, paytaxtda nə olur? Bu da özdə qeyri ciddi sözdür da. Niyə deyirsiniz əhərə? Ən azı deyin Təbrizə. Niyə əhərin adını gətirsiniz? Əslən, paytaxtın hara olması önəmli deyil. Bu mühümdür. Önəmlidir. Çox önəmlidir. Necə önəmlidir paytaxt? Türkiyə. Bakın, mən sizə bir dəqiqə. Bir dəqiqə daha. Türkiyə İstanbul'da götürdü, apardı Ankara'ya. Ankara o zaman bir daha kənd idi. Apardı kəndə. Yaxşı, bizim Türk xalqının İranda paytaxt dəyişməsi Türk xalqının bədbəxtçılığına səbəb olubdur. Bədbəxtçılığına. O zaman ki paytaxt Təbrizdən çıxdı, gəldik Qəzvinə, Qəzvindən götürdü, apardılar İsfahana və ya onlar ki oturmuşlar Təbrizdə qacarlar, götürdülər paytaxtı apardılar Tehrana, orada bu xalqın fəlakətinə imza atdılar. O paytaxt Təbrizdə qalsaydı, lütfən, o paytaxt Təbrizdə qalsaydı o gündən bizim xalqımız bu gün zəlalət, bu günün zəlalətində deyildi. Ona görə paytaxtın əhəmiyyəti çox mühümdür. Hətta əgər o gün Qəzvində qalsaydı, yenə bizim nəfimizə idi. Amma o gündən ki getdi Farsistana bizim. Əgər paytaxtın indiki şəraitdə, o dünyadan danışmırıq, o şəraitlərdən. Amma hər halda mən cənabınızdan sual soruşmalıyam. Yox, bu mühüm sualıdır ha. Bu ki biz paytaxtı dəyişək falan, bu düzdüz biraz şeylə başladınız amma sonucu bir ciddi bir yerə gəldi ki, paytaxt, tarix, o tarixi kökündən yerbəyer edilir bu paytaxt dəyişmə. Təbrizdən heç də dəyişilməyəydi. Təbrizin bir daha da bədbəxtçılığı var. Təbrizin bir daha bədbəxtçılığı var. Qoyun buna da işarə edeyim. Yəni mən də cənabına deyim, baxın, bunu ciddi deyirəm. Paytaxt Azərbaycanın bir kəndi olsun, amma Azərbaycanın olsun. Paytaxt. Bu heç, bilirəm də, baxın, mən deyirəm sizə ki, bu duygusal sözlərdir. Bu cümlələr gəl deyilməsin. Azərbaycanda Azərbaycanın paytaxtı ola bilər. Baxın, bunlar sadə şeylərdir, çox sadə şeylərdir. Azərbaycanda dövlət qurulursa, paytaxt da Azərbaycanda olacaq da, paytaxt Azərbaycandan, Şirazda olmaz ki, Azərbaycan paytaxtı. Azərbaycanda olar. Siz deyəsiniz ki, harası olur olsun, Azərbaycanda olsun. Bu söz
Yəni get deyilmir. Basın cümlə ağzından get çıxmıyor. Tamam. Azərbaycanda qurulan dövlətin paytaxtı Azərbaycanda olacaq da. Azərbaycanda xaric amma deməməlisin ki, harada olur olsun. Xeyr. Paytaxtın yeri önemlidir. Tarixi önemlidir orada. Dedim sizə bizim başımıza nə oyun gətirib paytaxt dəyişmə. O hətta Qəzvinə getmə də böyük xətadır. Çünki Qəzvinə getmə dərvazə Farsistanı açırdı. Bizim padişahlarımızda geçsinlər ora. Və getdilər də və fəlakəti yağdırdılar. Bir daha da ayrı bir söz deyim. Bir daha da ayrı söz deyim sizə. Bir dəqiqə diqqət edin. Baxın, paytaxt məsələsinin bölünməsində Rusiyanın nə rolu vardı? Niyə Təbrizdən paytaxt keçilib doyanlara? Rusiya ilə qonşu olmamız. Yəni stratejik təhdid və Təbrizin jeopolitik mövqeyi Rusiyaya yaxın, Rusiya sınırına yaxın olması o zamanki yəni Birinci Dünya Savaşından qabaq hücumlar, gəl, al, qaç vardı. Onlar səbəb oldu ki, yəni padişahların əmniyyəti hifz olsun deyə daşınsınlar mərkəzi nöqtələrə. Və bu çox böyük bir fəlakətə səbəb oldu bizim xalqımız üçün ki, oturmuşuq burada danışırıq. O problem var, amma indi də İslamın da Cunuba yaxın olduğu üçün oradan da İspanyalılar, oradan da İngilislər daimən İspanyalılarca ayrı, İspanyalılar gəlməyiblər də. İspanyalılar da gəlmişlər. İspanyalılar hara gəlməyiblər. Mən burada deyirəm biraz savadsızdan da bu qədər də savadsız deyirəm ki, İspanyalılar gəlmişlər. O da. Arz edeyim ki, çox az bir mən bir dənə sualı istiqlalçılardan soruşuram, onun tərsini sizdən soruşuram. Bir az ehtimalla federalist İranda yerim. Əslində millət qəbul eləmir. Azərbaycanlılar, ərəblər, bəluçlar qəbul eləmir. Siz istiqlalı nə deyirsiniz? Sənin bu sualı gəl qızıl suyla yazılar. Manşetdən geçibdir səninki. Yəni bu sual o qədər ciddi sualdır. Yaxşı. Biz deyirik ki, diqqət edin, bu çox dostlarımız, istiqlalçı dostlarımız verirlər bu sualı. Sən deyirsən ki, əzizim, federalizm əlverişlidir. Deyirsən ki, biz iki binalı bir bina düzəldəcək, iki binalı. Amma mövcud kərpiçlərimiz, daşımız, toprağımız, gəcimiz filan, yalnız bir katını, bir təbəqəni düzəltmə imkanımız var. Yəni federalizmi qurmaq, tamam binanı yapa bilmirik. Yoxumuzdur da, amma pulumuz yoxdur, materialımız yoxdur. Sən gəlsən deyirsən ki, yox, bir qatı düzəldəmədir, elə iki qatı bir yerdə düzəldəm. Sörüb nə deyərsən? Deyərsən ki, qardaş, bir qata pulumuz yetirmədi. Məsalih alım, kərpic alım, daş alım. Sən deyirsən, iki qatı bir yerdə düzəldək, imkan yoxdur. Pulumuz yoxdur, imkanat yoxdur. Federalizm ilə istiqlaliyyət bu mənadadır. Əgərsə əlverişli olursa ən yüksəkdə sən istiqlal alırsan da dedim. Sualı verdin mənə ki. Sualı verdin mənə. Yəni o mənası budur. Bax, federalizmi imkanı olmasa istiqlalın əgərsə bir zərrədə imkanı vardı, o da sifrlər yenər aşağı. Bitti. Yəni federalizm ki, sən İranın potansiyelini onu almalısın. Tamam xalqların potansiyeli ilə, Türklərin 30 milyon potansiyeli, yalnız 10 milyon da 30 milyon potansiyeli ilə, mərkəzçilərin demokratları ilə, xarici qüvvələrin bizə himayəti ilə, məsələn, Türklər oradan himayət alsın, biz Türkiyədən himayət alaq, ərəblər ərəbdən himayət alsın. Yəni, federalizmə bu qədər potansiyel var. Qurulmayınca, bunlar olmayınca federalizm, yəni xabıqıya, bu qədər. Can Şamili, mən geçən gün, 2 gün öncə bir misal vurdum. Dedim ki, Təbrizin traktorun müsabiqələrində yapan vaxtının insanlarımız çıxırlar xiyabana. Şuarlar için verirlər. Bu şuarlarda siz İran deyə bir şey görmürsünüz içində. İşarə belə olunmur. Tüm milli hərəkətdir. Bir dəqiqə. Hətta diqqət edəsəz deyir ki, Azərbaycan var olsun, istəməyən kör olsun, ya ölsün. Yəni bu şuar gedir daha, tamam. Bunun mənası budur ki, İran ölsün. Yəni burada İran bir şuardır bu. Yəni bu, indi siz bunu deyəcəksiniz, hakimiyyətə bunu deyirsiniz, hakimiyyət bunu bilir. Sizdən də yaxşı bilir, məndən də yaxşı bilir ki, bu şuarların hamısı təhlil olur, analiz olur, hamısı. Bir dana şuar siz tapanmazsınız ki, orada desin, millət də, o umumi millət də savadlı, savadsız. Baxın, onlar orada şuar verirlər, onların şuarları tamamən 100 dana şuarları olsa, 99.99'u istiqlalçıdır. İstiqlalçı analiz olur. Bir derseniz elə İrancı yoxdur içində. Məsələn, şairlər deyir, şairlər var, gedib Xameneyin yanında, nə bilim, İran falan. Bunlar heç, o şairdir. O gedib oradan pulunu alacaq. O sələsini alacaq. Hidayət bəy, baxın,
mən sizdən təvənnüm budur ki, mənlə təbliğatı danışmayın, müstənəd danışaq. Söhbət budur. Diqqət edin, mən deyəcəm təbliğatın nə cür təbliğatı. Onlar hamısı istiqlal istəyirlər. Mən federalist və bizim partiyamız Azərbaycan Demokrat Partisi milli şüarları tərh eləyəndə gedib İran şüarı verəcək. Bizim İrana hissimiz yaxşıdır, pozitivdir, aşıqdır. Bizim millətimiz əsir millətdir. Bizim millətimiz təhqir olub o ölkədə. Bizim millətimiz haqq sahibi deyil. Biz də İranın adını çəkmək istəmirik. Amma ayrı yolumuz da yoxdur. Yəni federalizm əlverişlidir. Dedi, bax, təkrar eləməyək sözləri. O məcburən oradan geçməlisən yolu. Sən də ki istiqlalsan, sən də məcburən oradan federalizmə geçməlisən. Tamam. Qulaq asın, bir dəqiqə. Ona görə orada şüarlar ki gəlir şüarlar verirlər. Türk dilinə mədrəsə olmalıdır hər kəsə və ya başqa şüarlar verirlər. Amma bu şüarı bəyənmərəm, ha? İstəməyən kör olsun Azərbaycan. Azərbaycana şüarda müsbət yanaşmalıdır. Cəzb edici şüar verməlidir. Dəf edici şüar bir daha pozitiv hərəkətdə olmaz. Məncə o şüarın səviyyəsi aşağıdadır. Yəni material roşan fikri zəifdir o şüarın. Ona görə o şüarın ikinci bölümü həzf olub onun yerinə başqa bir şey lazımdır qoyulsun. Birinci bölümü gözəldir, amma ikinci bölümü gözəl deyil. Amma o mənasında şüra istiqlallıqlar. Kimsə İran adını gətirməz. Ha, biz bir dənə milli mücadilədə əsir millətin evlatlarıyıq. Gəl, İrana aşıq olacaq indi. Gəl, sən bizi təhqir etmirsən, əzmirsən, traktor geçirmirsən üstümüzdən, yandırmışsan, kəsmirsən, biz sənə aşığıq. Bu bir şey var mı? Federalçılar bunu deyirlər. Məncə o sahədə federalçıların, istiqlalçıların heç fərqi yoxdur. Hissi, duygu cəhətindən heç fərqi yoxdur. Bizdə milli duygumun deyil, istiqlal federalizm onu demir. Hər bir insan için milli şuura sahib oldu. Heç istiqlal şuarı və federal şuarı da təyin eləmir. Elə bizim əziz dostlarımız kimi deyirlər, milli müqəddəratımız təyin olsun, milli müqəddəratçıdırlar. Onlar demirlər də istiqlal federalizm. Onlar da öyle olsun. Yəni fərqi yoxdur. Duygusal cəhətindən hamımız bir səviyyədəyik. Ona görə biri-birinə üstün sualcıya, bunlar demirlər, pəs istiqlaldır. Mən başqa yerdə danışdım. İstiqlal və başqa yerdə danışdım. Mərkəzdə, İranda, içəridə, yəni Güney Azərbaycanda bizim ən tanınmış, zindan çəkmiş, uzun zindan çəkmiş insanlarımız, dərgilərimiz, yazılarımız, hamısı federalizm haqqındadır. Hamısı federalçıdırlar bizim tanınmış şəxsiyyətlərimizin. Hamısı. Siz traktorda o adam gənclər 15-16 yaşında, 20 yaşında, 25 yaşında işlər fəqət gedilməsən, hissləri var. Gedilər şuar verirlər, gəlirlər. Onlar da təyin edici rol oynayanlar bizim aydınlarımız, öncülərimiz, qələm sahiblərimiz, şairlərimiz filandırlar. Tamam. Bunların da tanınmış, hər kəsimiz tanıyırıq İranda, hamısı federalistlər. Deyirsiniz addan çəkim. Mənfi puan verəsiz, qorxuram ona görə. Yox, adların çəkmirik, çünki onlara biz istəmirik bir izafi bir müşkül verir. Zarafat elədim, ad çəkmək istəmirəm. Təbii ki. Ərz edeyim xidmətsə, istiqlal bölümünü sizdən vaz geçirəm, soruşmuram daha. Yox, bir də suallar var, qəşəng suallardılar. Çox sualları, baxın, mən dedim sizə, baxın, İdarət bəy, biz müstənəd danışdaq, o insanlar ki bizə qulaq asacaqlar, onlara məlumat veririk, zehnilərini barındırırıq ki, düzgün seçim yapsınlar. O ki, nə seçim yapacaqlar, o özlərinə əlaqəsi var. Amma əlində material olmaq lazımdır seçim. Yəni, bir seçimə material lazımdır, danış lazımdır, bilim lazımdır. Cənabınız hərdən məni müttəhəm edirsiniz. Müttəhəm eləyəndə gərək mənfi nömrə verəm, ya da ki, gərək sualdan keçəm, ikisindən biri. Çünki mənim müttəhəm okeydir. Sizin özünüzdən ötürü mənfi verməyin də. Başqalarına ötürü mənfi versəz yaxşıdır. Məsələ də, mənim yazmışım gələ başım, amma özünüzün üçün mənfi verməyin, işimiz bəhs edilir. Təbii ki, özümdən ötürü mənfi vermərəm, amma yəni, mən məsələn təbliğatçı olanda biraz şey olur onda. Bir istəyirəm, Salih bəylə bu rəqabətdə devam edim axırıca. Başqa dostlarla işim yox. Salih bəy Yıldırımla bu rəqabəti, puan gəlməkdə istəyirəm, rəqabətdə devam edim. Gözəl. Yox, mənim müşkülüm yoxdur. Mənə nə qəd desəz, o təhammül, zərfiyyətim çoxdur. Çox sağ olun. Var olasınız. Biraz fəqət xülasə desəz, mən sizinlə müşkülüm beləndə xülasə gəlmişsiniz qedatda. Sizin müşkülat İrandakı tüm Türkləri düşünür.
düşünür, ya fəqət Azərbaycanı düşünür? Bir dəfə Sizin təşkilat İrandakı tüm türkləri düşünür, yoxsa fəqət Azərbaycanı düşünür? bizim təşkilatımız İranda tamam Türkləri düşünür. İki strateji etiqadı var. Azərbaycanda ya Güney Azərbaycan deyilir, orada devlətçiliyə inanır və devlət qurmağa və Türklərə Tehran çərəzdə bir özel iki dilli sistemin yaranmasına çalışma Tehran ve Çerez Türkleri, sonra Türk kantonlarında autonomi olarak yaratmak istedim. Elbette tamam. ki biz Tamam. sabahları İran'a Cumhurbaşkanı seçiləndə, dikkat edin bura, sabah İran'a Cumhurbaşkanı seçilir. Bizler, yani Türkler istilər İran'a Cumhurbaşkanı seçsinler. Bu Cumhurbaşkanlığı bizim Cumhurbaşkanımızın kandidatlarına kim səs verəcək? İranın hamısında tek Türk insanlarına ihtiyacımız var. Tek bunlar yok ha, kantonlar, bölgeler yok. Şehirlerde dağınık formunda Türkler çoxdular. Get Kirmana, get Bəndər Abbasa, get Bəluçistana, ne kadar desen Türk var. Onların səslərinin tək-təkinə sabah hakimiyyət qurmaq üçün ehtiyacımız var. Tamam. Federalı əlbəttə bu federal bölümünə geçəcəkdir. İstiqlalı deyim. Mən tüm istiqlal bölümü deyim, elə bununla gedim. Tamam. İstiqlalı əldə etmək üçün hangi fədakarlıqlar lazımdır sizcə? Məncə, yəni istiqlal veya federalist olarak baxmayın. Bir teorisyen olarak baxın. Yani, yok, yani bunu iki yere bölün bizlere. O da bu ki, milli hakkı elde etmek için çok candan geçmələr, çox həzinələr, böyük həzinələrə hazır olmaq lazımdır. Özündən, ölkəndən və xalqından bunu bilmemiz lazımdır. Bu milli məsələni ki, haqqında milli məsələn danışırıq həlli, çox ağır bir yoldur. Elə mənim mübahisəm bu, elə bu bəhsi istiqlal federal, bu ağır, çox ağır yoldur. Geçin baxın, elə bizim qonşumuz, yani Türkiye'de bakın görün nə əhvalat var. Dünya ve tarixdə milli hərəkətlərin baxın həzinələrə, baxın Filistinə baxın görün nə canlar, qanlar və fədalar gedibdir. Yəni böyük, çox böyük. Baxın məsələn elə İrlandın özünün və tam Afrikada bu cür hərəkətlərin, yəni ağır yol, çox ağır yoldur. Bir də bizim yolumuz daha çox ağır. Modern tarixdə məsələn biri milli hərəkətlər 100 il bundan qabaq bütün hakimiyyətlər, iktidarın əlində media yox idi, təbliğat yox idi, o güclü təbliğat yox idi. Milletin beynini yuvanmırdılar. Mesela indi Kürt toplumu biraz mesela o iyiliği ve tebarü toplum olmak için, savadın az olması için orada da milli hareket daha güçlənir. Mesela xanlar, ərbablar, rəhbərlər, kimlər, onlar daha toplum güclü bir araya yığır. Ama modern toplumda, şəhri toplumda təbliğat, İran mesela rejimin əlində, düşman əlində geniş təbliğat vasitələri olduğunda beyinləri yuvurlar. Burada biz hatta dedim firqənin qarşısında duranlar, o ordu işi gəldirik fərmandı, bir Türk, hatta dedim Baqirxanın damadı idi. Yəni Baqirxanın qızının da tələbi ilə ki, getsən Azərbaycanı azad eləyəsən. Yəni get Azərbaycanı için əsarətə sal deyə onlara göndər. Yəni bizim həqiqətən bu durum deyildi. Ona görə ağır bir yoldayıq. Milli müqəddəratı təyin etmə, oraya yetirmə. Elə ona görə bu bəhslərimiz, çağırımız, bağırımız bu nədir ki, mənim sözüm budur. Biz en kiçik gücdən, en kiçik imkandan ta en böyüksə ki bir nəfər hazır olup canını fəda etsin. Bunları bir araya toplamağa strateji qurmamız lazımdır. Bir nəfər desə, onlar geçsin, bunlar qalsın, onlar geçsin, bunlar qalsın. O yani Azərbaycanı kaybettirib indidən. Ona görə mənim tamam çabam buradadır ki, nə edə bilərik, hangi teorini əldə edə bilərik, hangi yol teori bizə deyəcək ki, bak biz bir arada olmalıyıq. Tamam güclər, en az bir gücdən ki, hissi var Azərbaycana, oradan ki canını vermək istəyir. Ama geçtik orada istiqlal, yani buradan geçenler sonra o fəda lazımdır orada. Fəda, yani ona göre fədai dəstələrdir bizim tariximizdə qururlar. Ama geçtik orada istiqlal ve federalizm. Mesela istiqlal meselesi, eğerse desək, yani həzinə vermək, yani bədəl ödəmə desək, çok böyük bədəl. Yani benim qorxum var orada. Qorxum var ki, çok, yani qeyri lazım çox bədəl ödənəcək orada. Çünkü o ayrı bir şeydi yani. Bugünkü tarix və hüquqla hadisələr ki, gedin baxın da şeydə də, məsələn, Çeçenistana baxın. Nümunə, gözəl bir nümunə, hətta istiqlal istəyirlər Çeçenlər.
Özü savaşçı adamlardılar. Biz bilmiyoruz ne kadar savaşçı. Ben soru soruşum cenabınızdan. Pakistan Hindistan'dan ayrıldı ve ayrılanda çox ölü verdilər və çox da mühacir. Dünyanın tarihidən görsənməmiş bir nüfus yerbeyer oldu da. Yəni buradan getdilər, oradan gəldilər bura. Sizcə istiqlalın bu qədər ərzişi var? Əgər istiqlal əgər yəni əlverişli olursa, əlbəttə ki, ərzişi var. Əlverişli olsa çox da böyük ərzişi var. Amma bizim bəhsimiz şüar vermək və ya duygusal davranmaq deyil ki, məsələn, indi çox adamların için dedim də, bizimkilər məsələn, olar ki, mənim teorumda istiqlalçılarla federalçılar yan yana Çin-Çində savaşmalıdır, bu haqqı aparamalıdır, İranda anayasaya bu haqqı ayrılma haqqını geçirmədilər. Orada yəni hissi baxımından arzu da hamı istəyir, arzu var. Kütlənin hamısının için tək hamısını, hətta bir nəvələ deyərəm yoxdur ki, istəməsin. Məncə ki, asimil ola. Çində bu istiqlal istəyirik, amma heç bir o sözlükliyi arzumuzdur. Hər kimə danışıq gizlətməzdir, deyərlər arzumuz istiqlaldır. Amma niyə? Niyə dəlidirlər? Bilmirlər, təcrübələri yoxdur, filan yoxdur, yox. Bilirlər ki, yasal dəstəyi əvvəl yapacaqlar, düzəldəcəklər, ondan sonra yol gedəcəklər. Yoxsa çox böyük həzinə verərlər. Biz də istiqlal yolu çox böyük, yəni itirmə, çox böyük həzinələr və maliyyətlər verir. Sorun budur. Çox qırağa gedirsiniz, mənim də zehnimi atışdırırsınız. Soru budur, müşəxəs. İstiqlalın o qədər ərzişi var ki, ona yüzlər min qurban verirlər. Yüzlər min insandan danışıram. Baxın, yəni, əgər əlverişli olursa, əlbəttə bir məsul siyasi rəhbər, lider, ya liderlər də bir nəvərin söhbətlərdə partiyalar bir araya gəlsin. Mən ona etiqadım var Azərbaycan haqqında. Bir partiya deyil, partiyalardan oluşan bir liderlik əldə etmək lazımdır vəziyyətimizə görə. Baxın, istiqlala getmək onurlu bir hərəkətdir. Amma əgər əlverişli olmasa və sən bir həzinə, yəni o liderlik bir həzinəyəcə də ki, o həzinədə itki çox olar, itki. O liderin məsuliyyəti, yəni o liderlərin məsuliyyəti olsun. Əcəba dəyəri var ya yox. Müstəqil cavab verin, mən rahatlaşdım. Mənim sualımı fırladanda məcbur olan bəhsə gidən. Baxın, istiqlal üçün, məsələn, yarım milyon insan ölsə, razısız istiqlalda xeyir. Məndən o sual soruşmayayım. Mən bir nəvərində qanun burnunun qanunçuluğunu istəmirəm. İstiqlalın önəmi. Mən insanın ölümünü... Mən sizə dünən nə dedim İsracın? Ölməkdən, kəsməkdən, asmaqdan, düşməndən, bu sözləri az edəcək. Bax, biz bir siyasi dillə danışırıq. Siz baxın, yox, o siyasi ədəbiyyatın ağırlığı bir danışıqda hifz olmalıdır. Yəni, ədəd insanın öldürməsinə insan kimsə razı ola bilməz. Ona görə siz mənim dilimi, siz mənim siyasi ədəbiyyat və diplomasi dilini başa düşməlisiniz. Sizdən bir teorik sual soruşuram. O da budur ki, demirəm öldürün adamı, demirəm ölümə verin. O demirəm. Deyirəm istiqlalın sizin nəzərinizdə ərzişi o qədərdir ki, ona 500 min insan fədakarlıq üçün geçsin, onun yolunda şəhid olsun. Sizə teorik soruşuram. Şimdi mənə sənə deyirəm, baxın, teorik soruşuram, demirəm göndərin. Teorik soruşuram ki, ərzişi var. Mənim sizdən təmənnam budur ki, hətta bir insanın ölümünü dilinə gətirməyəsiniz ki, bir nəvər ölsün filan olsun. Amma vaqiqiyyətdə var. Siyasətdə bir dil var, onu öyrənməz lazımdır. Siyasətdə bir dil var, diplomasının bir dili var, o dili öyrənmək lazımdır. Onun adı biz nə qədər hazırlıq maliyyət verək, onu deyə bilərik. Amma insanların canını burada keçib 500 min geçsin filan, bu çox-çox fazəli bir şeydir. Yaxşı, indi sözüm mənim odur, o saat cavab. Baxın, o liderlər ki, qərar verəcəklər, ya əgər əlverişli... Fikir eləməyin onu, bütün onlar buyurdular. Olsun, əgər əlverişli isə ki, mən dedim əlverişli isə, onu liderlər qərar verəcək ki, o maliyyat ki, onun almasına qoyurlar, həqiqətən millət və ölkə üçün yəni
müsbətdir ya mənfidir. Məsələn deyək, görəcəklər ki, məsələn deyək də, görəcəklər, əgər o istiqlal geçsələr, məmləkətin torpaqlarının hər yeri yanacaq, yanğın içinə düşəcək. Məsələn, o lider deyəcək, əgər hər yeri yanacaqdır, mən onda bir qərar verməliyəm. Yəni, oradan o liderlərin məsuliyyətindən qərar versinlər, bu maliyyətlə gedək, ya getməyək. Tamam, təşəkkür ederim. Hangi düşüncələr və güclər İranda məhkum və əsir olan millətlərin istiqlalı ilə müxalifdirlər? Hangi millətlər müxalifdirlər? Hangi güclər ya düşüncə? Məncə İranda güclər və düşüncələr. Elə, onu istedim deyim. Bakın İran'da istiklalçılardan sonra hamı muhalifti istiklalına. İran'da istiklalçılardan sonra için çok az bir kesim 80 milyonlu müqayisədə belki hiç bir dersinde de değil. Ona göre o gayri istiklal istemeyenler hamısı muhalif de istiklal istemiyorlar yani. Fakat istiklal isteyenler muafıktılar. Bunların içinde bir kesim naagahlıktan, bir kesim faşist olmadan, bir kesim şovinist olmadan üzdürə, bir kesim naagah olmadan, bir kesim yok. Hakiki agahlıktan ki bu yol düzgün yol değil diye mesela düşünce esasında, düşünce diye yok mesela değil. Çok farklı kesimler var bu arada. Şimdi niye muvafık değiller? Ama sayı bakımından istiklal isteyenlerden sonra hamı muhalif. Tamam. Teşekkür ederim. Suala kısa cevap verirse çok güzel olur. Görürsünüz. Her yerde olmur ama burada oldu da. Tamam. Eğer bir millet ya milletler onların düşünce sahipleri yani mesela milletçi aktivistler. Düşünce sahipleri ondan yaxşıdır yani. Ben düşünce sahibi çünkü her sefer ötürürsüz ortaya fikri. O özü yayılır. Eğer bir millet ya milletler istiklal isterse ve istiklal için irade de ederse, gücü de elde ederse, neden o milletler istiklalle muhalefet olabilirler o güçler ve yaxşı güçler? Yaxşı. İndi əvvəla sizin bu ifadənizdə böyük yanlışlıq var. Deyirsiniz, əgər bir millət istiqlalı istərsə, bir millət istiqlala iradə edərsə, bu millət kimdir? Bir partiya mı? Bir kəsim toplumdan mı? Toplumun %% mi? 20% mi? 10% mi? 5% mi? Bunu biz bilmirik. Mesela biz indi deyə bilərik ki, mesela dikkat edeyim, bir daha da burada parantezi için istəyirəm deyim əhəmiyyəti. Bu qadın yaşam azadlıq hərəkatının ortalarında yəni təcziyə tələblik bir sorun oldu. Bəhs oldu. Hətta məndən də müsahibə elədilər. İran International mənim özümlə də danışdı, o zəngi vurdular. Şu müsahibə elədi ki, belə bir şey var ya yox. Məsələn, təcziyə tələblik. Düzsüz suallar idi. Bəluçlarla Kürdlərin təcziyə tələb olmağını soruşurdu. Belə bir şey var orada yox. Türklərdən heç kəsə soğuşmadı. Halbuki mən özüm Türkçəm, o da bilir mən kiməm. Zəh vurup. Ama Türklerde təcziyə tələblik var, yox soğuşmadı. Ama dedi Bəluçların hərəkətində belə bir şey görürsünüz. Türklərin hərəkətində belə bir şey. Dikkat edirsiniz. Yani biz ki təsəvvür, yani siz yani şəxsisiz. Təsəvvür edirsiniz ki millət istiqlal istəyir. O xəbərnigar ki fili adam axtarıcı desin, bura təcziyə tələbdilər, Azərbaycan adı gəlmədi. Yəni nə mənə? Yəni Azərbaycanın bu istiqlal tələbdir o filan. Mesela o səviyyədə də ki adı gəlsin. Yəni o mərhələyə yetişin ki adı deyilsin, belə bir şey var. Yani medya Bəluçlarla Kürdləri ittiham edir. Yani orada o bir şey olabilir diye. Ona göre ben bunu bu cür deməlisiniz. Bir kesim, toplumun bir kesimi, aktivistler de, qeyri-aktivistlər ki də, aktivistlər düşüncə sahibdir. Bir kesim aktivistlər bir toplumda istiqlal istərsələr, o birisi millətlər niye muhalif olsun? Bu cür sual verir bilərsiniz. Millət istiqlal deyəməzsiniz. Millət 10 milyon Azərbaycanda adam var. 10 milyon neçə faizi şeydir, istiqlal, siz bunu bilirsiniz, deyə bilməzsiniz, biz də bilmirik. Bəlkə çoxu, bəlkə azı, bəlkə filan. Amma bilirik ki, çoxu deyil. Çünki çoxu olsa onun təbarüzü, birunusu olar, görüntüsü olar, eşik görüntüsü olar. Mesela diye bir hərəkət güclü olsa toplumda, partiyaların yüzünü çoxalar. Bir toplumda bir hərəkət çox olsa medya, yəni dərgi çox olar. Bir toplumda çox olsa onun televizyonu olar, imkanı malışı olar, çox böyük televizyonlar olar filan. Yani çok nişanlar var. Bir balazasını istedim sana.
Amma bizimkində elə bir şey görünmür. Yəni çox bir balaca kəsimdir. Yəni balaca kəsimin iradəsi haqqıdır, yəni o cür şey istəsin, o cür şey düşünsün. Amma millətin istəyi də bu. Millətin istəyi bizə harda bəlli olacaq? O seçimdəki əvvəlin seçim keçəli məclisə təyin eləsində ki, nə istəyirlər, nə istəmirlər. Millətin seçimi, onda biz inqilabdan heç vaxt danışa bilmərik. İranın rejiminin getmağından heç vaxt danışa bilmərik. Çünki bilirik ki, neçə nəfər istəsə millət niyə bilmərik millət rejimlə müxalifdir. Deyə bilirik ki, roşan fikirlər müxalifdirlər. Bəziləri də çox belə hesabı müvafiqdirlər Cumhur İslami ilə. Yəni bunu sizin məntiqiniz nə danışsaq ha? Dəqiqən o məntiqdir. Mənim məntiqimlə oraya yetişir ki, müxalif yoxdur, yəni Cumhur İslamiyə. Cumhur İslamın həyatı tarixi mərdumun müxalifətidir onunla. Azərbaycanda ki, hərəkət göstərir. Orada rəy verir ona, orada şey vardı, parlament var, millət, 5 milyon xarməndi var, millət işləyir, mədrəsiyə gedir, yaşır. 5-10 nəfər xanımlar durublar, işləyir, bir şey ediblər, rafimalıq ediblər. 5-10 nəfər də içəridə. Əziz Hidayət bəy, keçən ən son seçimdə sizdən, mən daha müsahibə eləmişim televizyondan. Ən son seçimdə, məclis seçimlərində Tehrandan 7% %7 insanlar rəy veriblər. %7. 93% Tehranda intihabata seçimdə iştirak etməyiblər. Bundan xəbəriniz yoxdur elə bir. Onlar rəy verməyiblər. Dəlbədər ki, Cumhur İslami'nin davasında deyirlər. Məsələn, Cumhur İslami iddia edir ki, üzr istəyirəm. Rəis Cumhur öləndə 12 milyon adam gəlib xiyabana. İddianı ötürün. Bu seçimlər mi? Bu xəbərlər rejimin öz xəbəridir. Məndə cənab 10 dana Tehranın, İranın 10 dana 10 şəhər, böyük şəhərlərdə, 10 dana böyük şəhərində seçim səviyyəsi 7-də idi. 7%. Yəni bunları danışmıyor. Getək başqa suallara. Getək pobrisine. İstiqlal iradəsi. İstiqlalı əldə etmək bir uluslar arası. İstiqlalın iradəsi və istiqlalı əldə almaq. Acaba uluslar arası əxlaqi, siyasi və hüquqi midir? Əxlaqı qoyaq kənara, əxlaqa dəxli yoxdur bu mövzunun. Həqqə və hüquqa dəxli var. Haqqı var tələb eləsin. Haqqı var tələb eləsin. Əlbəttə ki, haqqı var. Bir düşüncədir. Gətirib istiqlaliyyət bir tarixi siyasətdə mühüm bir yeri var. Amma hüquq onu dəstəkləyir. Uluslararası hüquq, beynəlmiləli hüquq yox, dəstəkləmir. Amma bir daha bir şey var. Baxın, istiqlal, baxın görürsünüz daha bu istiqlal dövlətlər yarandı da. Sovyet Birliyi dağıldı. Məsələn, orada 15 ölkə düzəldi, Yugoslav filan. Buralarda bir daha da bir şərt var. Bir şərt də var istiqlaliyyət almağa bəzi bölgədən ki, göstərildi daha bu bəzi Afriqai ölkədə və Kosovada da görürsəndi. O da qətliamdır. Yəni xalqın qətliamı olandan sonra beynəlmiləli güclər gəlib siyasi, nizami müdaxilə edib və oradan sonra layihəyə götürülür. Yəni beynəlmiləli məhkəməyə götürülür ki, orada bir qərar versinlər. Yəni qətliamdan sonra, yəni bu şeyler bu da var yani. Ama bizim siyasi strateji grup, biz mesela siyasi strateji grup kurabilir ki, ya biz siyasi strateji, bir dakika. Biz siyasi strateji kurak ki, gelsin bizim halkımızı qətliam verəsin ki, biz istiqlal edəcək. Belə bir siyasi strateji kurabilirsən sən. Onun əvəzində də, məsələn, indi sizin bu fərmayişinizi istəyirəm nəqs edeyim. Afrikada, o cümlədən Somalidə. Harada? Somalidə. Məmləkət iki yerə böldü. Somali Cənubu oldu da, yəni bölündü. İki dana müstəqil məmləkət oldu. Dövlətlər də bunu qəbul edəcəklər, eləməyəcək. Orada iki dana dövlət var. Sazmanimilərdə çox keşvərlər var, bilirsiniz. Sazmanimilərdə üzv deyirlər. Bu dəlil buna deyil ki, bu sazmanimilər. Mən müstəqil bir məmləkətəm, sazmanimilərə də üzv olmuram. Tutuldu, getdi. Yaxşı, bax, Hidayət bəy, baxın, əvvəla Somaliya, o Somaliyalandır siz adını təhdiniz. Somaliyanın bir quşasında. Onu heç kəs rəsmi tanıyıb Somaliyalı, heç kəs, yəni o dövlət deyil o. O bir, sazmanimilərdə zatda da heç şey pozisyonu yoxdur, mən onu bilirəm. Yəni, baxın, sizin bu sözü şahad edir ki, sazmanimilərlə dəxli yoxdur. Bu sözü siz bir daha siyasi ünsürün yanı, gedəz bir daha, dünyaya siz və siz birinə bu cümləni deyəsiz, ha? Yəni, deyəsiz deməyim. Deyim ki, deməyin heç zaman. Mühüm deyil sazmanimizi. Yəni, dövlətlər bizi rəsmi tanımır. Dövlətdə sən rəsmi tanırsan, ölərsən. Çörək gəlməz ora. Su gəlməz ora. Bərqi gəlməz ora. Ölər, cəmaət orada acından ölər. Yəni, necə ya dövlətlər rəsmi tanımasınlar? Belə bir dövlət var bu dünyada ki, ora su, bərqi gəlməsin. Ona görə lütfən, baxın, lütfən müstədəl. Biraz da, mən dedim sizə,
bu təcrübəyə siyasi, baxın, görün dövlət, yəni bir daha dövləti bir dövlətə rəsmi tanımasa, o dövlət yox. O xalq orada acından ölə bilər. Çünki orada heç kəs əlaqə qurmaz orayla. Çünki orada tanımırlar. Bu sözü demeyin. Bu sözü desəz, Tamam. yani bizim xalqımızı bu sözlə götürüb ölümə götürə bilərsiniz. Siz çox məsulanə düşün. Yox, məsulanə düşünməlisiniz. O bizim milyon insana düşünürsünüz siz. Görün, belə bir şey olsa zərər, sizcə daima bizim xalqımıza zərər dəyməsin diye düşünərsiniz. Ama düşünün məsələdə dünyada tanımasınlar bizi, amma biz bir dövlət olaq. Siz Kebresə baxın. Kebresə neyini? Türkiyənin sərmayəsini bu ayaq tutsa. Türkiyə olmasaydı orada ölərdi de heç kəs onunla müamil edəməz. Heç kəs gəlməz, heç kəs getməz. Qutuldu, getdi. Böyle bir şey olar. Sen istəyirsən bir daha məmləkət gətirsən orada qurudasan, sulağın qurudasan, daima məhv olsun. Hamı qarşın oradan orada quru torpağı çevirirsin. Böyle bir şey olur mu? Böyle bir düşünce olabilmez. Lütfen. İstiqlala iradə edən millət üçün müxaliflərin nə önəmi var? Önəmi budur ki, çox mühüm sualdır. Bu da mühüm sualdır. Qəşəng suallarım var. Bir tane o deyim, sizi təqdir edəməliyəm. Çünki yani istiqlalçı kimin bu sualı tərh eləməz də önəmlidir, gözəldir. Yani çünki qaçardıq ki, bu sualları verməyəsin ki, istiqlal nəqd olmasın. Amma verirsin suallar, əlləriniz ağrımasın. Yani ağzınız ağrımasın. Baxın, nə önəmi var? Biz toplumsal yaşayan, bax, biz insanda toplum yaşayırıq. Eğer senin çevren olmasa, sen yaşayabilmezsen bir nəfər. Sənə bir nəfər lazım ki, ondan evlənəsən, uşaq doğru edilsən, bir yerdə yaşayasan, qonşu ilə əlaqədə olasan, iqtisad qurasan, yəni yavaş-yavaş böyüyüb şəhər düzəldirsən və idarə edəsən. Sən eləyə bilməsən deyəsən ki, o birisilərin önəmi bizə yoxdur. Biz o birisilərlə bərabər yaşamaq deyir. Yaxşı, ona görə başqalarının nəzəri bizim istiqlal almamızda en önemli rol oynayan faktörlerden biridir. Niye? Çünkü muhalif olsalar qabağını alacaqlar, eləyə bilməyəcək. Muvafıq olsalar çok sürətlə alacaq. Muvafiqlərlə müxaliflər biraz çaba ilə bəlkə bir işlər görə bilərik, ala bilərik. Yani birazını nəzərin cəlb edərik, birazını nəzərin cəlb, amma biraz güclü, daha güclənə hədəfə yetişərik. Amma muhalif olsalar heç zaman və düzlə dəyər. Yəni sən bir iş görə bilməsən deyə. Mənası budur. Tamam. Fakat istiklal değil ha. Fakat istiklal değil. Koyun bir daha da bir şey diyeyim burada. Bu istiklal için değil fakat federalizm için de vücuddur. Biz bilmiyoruz federalizmi alabiləcək. O gücümüz olacak. Geldik bu seçimlerde hamısı getdi mərkəzi Azərbaycan'a. Bu Azərbaycanımız geldiler. Bizim partiyalara, milli partiyalara 10-15%, 20% rəy verdi. Mesela 80% getdilər CP milliyə, Hizb-i Tudiyyə, kimə rəy verdi de bizlere rəy vermədilər. Bu Azərbaycan məclisində. Onda biz ne edəcəyik? Əsləhə götürəcək olar, öldürəcəyik. 80% öldürmə olar. Yəni, görürsünüz, biz bilmirik. Ona görə deyirəm ki, ehtiyatla, zərafətlə filanla biz çalışmalıyıq. Bu nəzər, bu xalqı öldürüblər, bu xalqın beynini yiyiblər. Bu xalqı cəlb etmək üçün zəhmət lazımdır ki, analiz edək, nə edək və bu xalqın rəzəni cəlb eləyək bizə və rəyin alaq. Yoxsa federalizmdə mümkündür vermədilər, zorla eləyə biləcəksin. Mən məsələn deyəm ki, toplumun 15-20% mənə rəy versin, ondan sonra hamısı İrancı olsun. Tamam. Tamam. Arz edeyim xidmətə geçirib İran bəhsinə. Çox Ayıdədən, vay. Gəncə şiirini Farsi. Qoy bir kere indi İran kavramı sizin için bakın bu gün 4 saati saxlayacağım sizi. Uzaldırsın sözlerini. Uzatmayın, lütfen gedər. 6 dənə suala cevap vermişsiniz 2 saatte. Əlbəttə uzaldıram, eşidənlər üçün yaxşıdır. Yəni bir materialda yəni biraz sualım qabaqda var da, mənim heç sualım gələcək. Tamam yazın. İndi İrandan başlayaq da, lap belə həssas nöqtəyə çıxır. Həssas nöqtə. İran kavramı, bu söz, İran sözü. Sizin düşüncənizdə hangi təriflə tanımlanır? Nə tərifiniz var İrandan? Yani iki tane his var onda onların. Yani bir tarif, bir de bir his vardı. Bir tarif var, bir de hissi vardı. Tamam. Ben içimde de. Bir tarifi bir ölçenin adıdır. Bir ölçenin hukuki cəhətdən tarifdir da yani bu. Hukuki cəhətdən bir ölçenin adı, siyasi coğrafyadır. Təəssüflə bu siyasi coğrafyanı kuranlar bizim ata-babalarımız olublar. Ama ahirdə adını İran ediblər. İkinci hissim ki biraz
müsbət deyil və mən olsam İranda, İranın Milli Məclisində, həmin o məclisi deyirəm ha, ki orada 51% rəy gətirə bilsə federalizm keçidə bilər. Orada İranın adın dəyişməsinə təklif gətirirəm mən. Niyə? Çünki İranın adı yalnız bir xalqa aid bir addır. Yəni Fars xalqına aid bir addır. Halbuki İran bir neçə milliyyətli ya multietnik bir ölkədir, ya kəsirmillə bir ölkədir. O ad gərək layiq bu xalqlar ola ki orada yaşayırlar. Halbuki o xalqların İran adı heç bir başqa xalqları təmsil edən bir durumda deyil. Bu kəlmə, bu söz. Ona görə mən bu zehnimdə çoxdan var. İndi sözlər sizdən danışıram. İranın adının dəyişməsinin tərəfdarıyım. Amma zorla olan bir şey deyil. Bu məclisdə ola bilər. Məclisdə 51% rəyimizi ala bilsək, olsa rəyimiz, biz orada İranın adını dəyişə bilər. Ha, bundan sonra ölkənin adı bu olsun deyə düşünmək olar. Sadəcə bu dəlləki biri etniki orada nümayəndəlik edir, bu ad ondan müxalifsiz, yoxsa bu adın altında bir ayrı bir şey? Yox, elə o ad da, yəni o adın, o əvvəla ad xalqları İranda təmsil etmir. Sonra bu ad unvanı ilə daxili istimar siyasətində çox böyük bir rol oynamağını düşünürəm. Yəni bu ad kəlmə ilə. Ona görə bu kəlmənin, yəni məmləkətin adın multietnik məmləkətə layiq ola, yəni düzgün düşünməli lazımdır, bilimsel iş lazımdır buna. Yəni mənim şəxsi adım filan vermədə və hamıya aid, yəni xalqa aid bir ad, yəni federal dövlət isə, federal bir dövlətə aid bir ad olursa daha yaxşı olur. Onun tərəfdarıyım, İran adının dəyişməsinin tərəfdarıyım. Yəni oldu bir məmləkət adıdır bugün, gerçək budur, huquqi cəhətdən. Bir dəfə də mənim hissimdir İran sözündən. İran qavramını siyasi görürsünüz, kültürel görürsünüz, topraksal görürsünüz, dinsel görürsünüz, dinsel görürsünüz, etnik görürsünüz. Ne görürsünüz? İran əgərsə, yəni bir devlət kimi, yəni baxaq ona ki, o cür baxmamız lazımdır. İran devlət, yəni siyasi coğrafiya və devlət görürsək, orada o dediklərinin hamısı var. Amma hansı mühtəvada vardı fərqlidir. Yəni, mesela kültür məsələsi də var, topraq məsələsi də var. İndi siyasi bir devlətdir, onun bir siyasi coğrafiyası var. Amma o siyasi coğrafiya... Adın özünü soruşuram. O İran kəlməsi. İranın kəlməsi, bilirsiniz, İranın kəlməsinin kökü bizim tariximizdə. O bizə də indi biraz tarixdə, mən tarixdən çox bilmərəm, amma bəzi şeyləri oxumuşam, ona deyə bilərəm biraz bu tarixdən. İran kəlməsinin tarixdə var olmasının kökü İran siyasi ölkə kimin deyil. İran fəlat-ı İran. İran yaylığı adında tanınmışdır. Yəni, padişahlar, qədim padişahlar, məsələn, Türk şahları, Türk xanedanları öz qudrətlərin, şövkətlərin göstərməkdən ötür. Hər zaman yazanda, məsələn, məktubu yazır filan padişaha desin, bu kimdir? Dedim, mən İranla Turana hakiməm. İran deyəndə məmləkət deyildi. Çox böyük bir yayla, böyük bir dəşt, dəşt yox, dəştdən çox böyük. Fəlat, çox böyük bir, yəni bugünkü İran siyasi coğrafiyasından daha da. İranda, kollən tarixdə də İran sözünün gəlməsi daha çox bu yaylıya, bu fəlata dəxil olan bir şeydir. Ta ölkə adına. Ölkə adı taza bir mozdu İran. Tarixdən çıxaq. Çünki qısa gedək. İran, bu günlərdə, bu kəlmə ki İran var, bu siyasi bir kəlmədir, kültüreldir, topraksəldir. İran kəlməsi Riza Şahın, yəni mən o sənədi tapmağa çalışacağım. Bu mətləbi yəni BBC-nin bir profesör, tarix profesoru, Əfqanlı tarix profesorunun məqaləsində oxudum ki, Riza Şah İran sözünü bu məmləkətin, yəni bugünkü İran adlanan məmləkətin adı kimi istifadə olmasına bir məktubla təqaza, yəni izn istəyib. Və Əfqanistanın padişahı, bilirsən də burada İran, İrna, bu şeylər hamısı Əfqanistanda bugün vardılar, çox şeylər. İrana filan bu şeylər. Yəni daha çox Əfqanistana aid bir sözdür və ondan izn alıb və padişahın müşavirləri ki, müxalif imişləri hətta padişahın nəzərindən, amma padişah müvafiq nəzər verib və o kəlmə İranda, yəni İranda işlənsin. Bilirsiniz, İranın tarixdə ad, yəni ölkələrin ad məsələsi, əlbəttə İran məsələsinə, ad məsələsinə gəldiyimizdə, bu ölkələrin hamı heç birinin sabit adı yoxdur ki, nə ki, İrana heç yəni sabit adı yoxdur. Hər bir ölkəyə bir padişah gəlirdi, öz ailəsinin adını qoyurdu, ya bir şeyin adını qoyurdu. Yavaş-yavaş
bu yeni tarihte, yani Birinci Dünya Savaşı'ndan sonra, ələlxüsus İkinci Dünya Savaşı subat, yəni sabitləşmiş adlar filan olmuş üçün qeydiyyata keçir, hüquq məsələsi gəlibdir. Ölkələr orada bir camiye milər düzəldi əvvəl Birinci Dünya Savaşı'ndan sonra. Orada qeydiyyatın içində sabit ad lazımdır. Sonra İkinci Dünya Savaşı'ndan sonra o Birləşmiş Millətlər orada daha təsbit oldu adlar. Ona görə o zamana qədər, yəni ondan qabağa qədər İranın, yəni hər ölkə hususidir. Məsələn, biz indi Almana nə deyirik? Alman deyik, Alman. Məsələn, Fransızlardan, Faslar Fransızdan aldılar. Ya Türklər deyirlər Almanya. Biri deyir Deutsch. İngiliscə ona deyirlər Germany. Bax, adlara bax. Bir-birinə heç dəxli yoxdur yəni. Yəni, Germany hara, Deutsch hara, Alman hara. Ya məsələn, çox fərqli məmləkətlərin adları var. Məsələn, indi İsveç. Sueda deyirlər Türkçə İsveç. Fransaya, Farsça deyirlər Sued. Və İngiliscə deyirlər Sweden. Amma İsveçlər özlərindən deyirlər İsveriya. Tamamen ayrı bir şey. Yani ona göre qədim ölkələrə hər bölgə özü bir ad koymuş. Yani mesela bir o ölkə özünə bir ad koymuş. Mesela padişah cəvadı falan gördü. Bir tərəfdən də xaricdən herkes mesela bir ad koydu. İran'a, bu İran bölgesine uzun zaman Herodot zamanında Herodot gəlib dolanıb Perşiya işlədi. Avrupalılar İran'a Perşiya deyirdiler o bölgeye. Ama Avrupalılar yalnız Perşiya deyirdiler. Ərəblər başka şey deyirdiler. Türklər başka şey deyirdiler. Ona bir daha məqalə vardı. Bir tane Afganistanlı yazıbdı. Onu tapa bilsəm onu koyarım heç də görsünlər. İran'ı ne adlanırmış. Sonra ama İkinci Dünya Savaşı'ndan sonra Subahat Tabov filan Beyman bu ad İran adı təsbit olub. O İran adı tarixi ucuzsudur. Afganistan'dan alınmış bir şeydir. Yani vəziyyət budur indi. Çox budur. Məsələn, bu söz ideolojikdir, siyasidir, nəcadidir, yoxsa coğrafiyayıdır. Yəni bunu bir belə ki buyurdunuz, bunların hamısı bunların içində deyəcəm. Yəni İran adı Fars xalqının tarixinə, kültürünə, mədəniyyətinə aid bir addır. Yəni etnikdir, ideolojik deyil. Yox. İran kəlməsi sözünün mənasında İr filandan gəlibdir. Bəlkə Arya bu sözlər deyirlər də, mən ona əlbəttə çox da inanmıram o şeylərə. Arya filan. Yəni ona aid Afganistandan gəlibdir. Afganistan xalqı ilə İran xalqının da çox yaxınlığı var da, Tacik xalqıdır da, Taciklərdirlər. Və bunların tarixindən qaynaqlanan bir ad deyib. Bunu gətiriblər, bu adı kəsilməklə ölkənin adına çeviriblər. Və o adın adın kölgəsində bir dənə yəni şovinisti siyasət aparıblar. O yəni İran dövləti adı ilə təəssüflə İranda. Yəni İran adını şovinizmlə bulaşdırıblar. Necatpərəstliyi ilə bulaşdırıblar, istimari daxili ilə bulaşdırıblar və qeyri-fars xalqların yanında bu keçən yüzildə yəni o istimari siyasətdən ötürü çox bir pis his yaradıblar bu sözə. Bir tərəfdən də bu söz bir xalqa aid, yəni bu kəlmə bir xalqa aid bir sözdür və dəqiqən Afganistan kimi, Afganistan sözü də fəqət Pəştunlara aid bir sözdür. Pəştunlardan sonra heç kəsə Afgan deməzlər orada. Ona görə orada da yanlış bir sözdür oradakı Pəştunlara aid bir daha məmləkətdə adı olur. Yəni o məmləkətdə adı dəyişilə məsələn, normal olursa, İran da olursa. İran adlı varlığı rəsmiyyətə tanır mısınız? Sizin hizbi yəni. Əlbəttə bizi rəsmiyyətə qaldı boğazımda o sözündən. Əlbəttə ki, rəsmiyyəti tanıyırıq. Biz bir federalistiyik, bu məmləkətin rəsmi adı, hüquqi adı və beynəlmiləli məraciətdə tanınmış bir addır. Onu biz rəsmiyyətə tanıyırıq bugün. Amma dedik də, əlbəttə bu ki, biz İranın adını dəyişək, mənim şəxsi fikrimdə, bu hizbdə bu bəhs olunmayıbdır. Hizbdə bu bəhs olunmayıb. Amma rəsmiyyət tanıb bir ölkənin adıdır və təbiətən bunu biz hüquqi cəhətdən davam etməkdən sonra ayrı çarəmiz yoxdur. Türklər, Azərbaycan, Azərbaycanlılar, İran və İranlılar bu qavramları siyasətdə necə yan-yana gətirirsiniz? Türklər, Azərbaycanlılar, İranlı, İranlılar bunlar uymur bir-birinə. İranlı, yəni İrana
İranın vətəndaşı olandır. İranlı da yani yine İranın vətəndaşı. İran bir ölkənin adıdır. İranlı yani İrana vətəndaş olan. Azərbaycan ve Türk, yani Azərbaycan Türklerin yaşadığı vətən, ama Türk orada yaşayan çoxunluğunda, hamısının değil, çoxunun, yani Türklerin milli kimliği, Türk milli kimliğinin adı. Yani İran deyəndə, baxın, bizim düzdür İranda bir siyaset gedir. Mesela İranda bir istimari siyaset gedir qeyri-fars xalqlarının əleyhinə. Ve İran adı da, İranın kəlməsi də buna bulaşmış bir durumdadır. Ama hukuki nəzərə almadan bu təriflərin içine girmemiz düzgün çıxmaz. Yani onu anlamakta zorunluluk çəkərik. Biz gərək biraz ehtiyatla bu qavramların haqqında danışaq ki, yani sui təfahüm, yanlış anlama meydana gəlməsin. Sizin sorunuzu mən başa düşdüm mü? Cevap verdim mi? Bilmirəm, siz sualınızı başa düşdüm mü? Yok. Yok, ben de bunu soruşurdum ki, mesela sizin hizbin düşüncesinde, felsefesinde, anlayışında İran, Azerbaycan, bunlar birbirinden yola gelmir. Bəli, bizim hizbin içində, çünki biz federalist hizbik, Azərbaycan İranın bir dənə bölgəsi sayılır, bir iyaləti sayılır. Məşrutə inqilabının anayasasında da 4 dənə İranda iyalət var. Başqaları vilayətdir, balacadır. Vilayət yəni iyalətin balacası. Amma 4 iyalət var. O 4 iyalətin İranda, o anayasasında biri Azərbaycandır. Yəni ən böyük bölgə sayılır. Ona görə İranın içində bir əyalət Azərbaycan biz hesab edirik, federalistlik daha istiyoruz. O əyalətdə hakimiyyət qura bilər. İranı millətlər ölkələri varlığı bilirsiniz, yoksa bir bütün ölkə bilirsiniz? İran bir siyasi coğrafiyadır ki, çeşitli xalqların varlığı ilə var olmuş durumdadır. Fərqli millətlərin... Xalqı kəlməsini işlədirsiniz. Yəni bunu başlatmadım ona görə. Niyə millət demədiniz, xalqı dediniz? Orasını da heç başlatmadım. Aha, ona da bir izah gətirim. Mən verən ki, sözlərimiz başa düşülsün, anlaşılsın. Ən əlxüsus daha fərqli yerlərdə yanlış anlamaya səbəb olmasın və mənim sözüm yanlış anlamasın və sözüm qəşəng başa düşünsün. Mən millət, etnik, etnomillət, xalq sözlərindən bir mənada istifadə ederim. Tamam. Başlattım. Tamam. Bu çok güzel oldu. Çünkü bunu yani, o kitap yazılanda evvelinde getirsek daha şey olur. Evet. Tamam. Siz indi bu İran'ı çoklu milletler ölkeleri bilirsiniz, yoksa bir dana ölke bilirsiniz? Bir kəsir millə ölkə bilirəm. Tamam. Sizin təşkilat İran adlı varlığın gələcəyi necə görmək istəyir? Bizim hizbin siyaseti bir federalist siyasettir. Yani varlığını devam etmelidir, edecektir yani hukuk esasında. Ama benim şəxsi hesabım bu idi ki, eğerse biz gələcək yani müəssis məclislərdə, yani federalçılar, nə biz Türklər yox. Tamam, İranın səviyyəsində federalçılar müəssis məclislərdə əksəriyyətdə olursa, İranın adının dəyişməsi, mən bizim partiyə təklif edirəm ki, təklif eləsin, layihə versinlər ki, Milli Məclisin quruluşunda o yeni anayasanın, qurucu anayasa yazılmada İranın adı dəyişilsin. Yox. Uyğun gələcəyin nədir görürsünüz? Gələcəyi demokratik bir federalizmin qurulmasını uyğun görürük ki, nə qədər gücümüz çox olursa, yəni biz deyil də demokrat güclərin, məsələn, qeyri-xaric xalqların və mərkəz demokratlarının nə qədər gücü geniş olursa, çünki biz danışırıq bunu, biz bilmirik nə qədər gücümüz olacaqdır. Biz bilmirik bunu, heç birimiz bilmirik. Nə qədər çox gücümüz olabilirsə ki, o anayasada bölgələrin daha çox yəni istiqlaliyyətinə, daha çox özlərinin idarə haqqına, məsələn, konfederal formada ki, eləyə bilsin, xalqlar yaxından siyasətlə uğraşa bilsin, bunu dünya siyasətində, demokratik siyasətlər arasında federalizmi xalqların ya insanların yaxından siyasətə uğraşmaq üçün demokratik açıdan ən demokratik sistem tanırlar. Ona görə nə qədər
xalqlar ya bölgələr, daha xalqlar deyil, bölgələr. Nə qədər bölgələr özlərinin idarə haqqında daha çox güclü hüquq tapsalarsa, o qədər demokratik olmasına inanırıq və o qədər də demokratik davam edə bilər deyə inanmaq lazımdır. Biz ona çaba göstəririk. Ümid edirik ki, ona əl tapaq. Arzumuz budur ki, o güclə o gələcək anayasa yazılsın. Yoxsa əgər zəif olsaq, vay halımıza. İstiqlalçılardan soruşuram bir sualı. Onu biraz değiştireceğim, sizden soruşam. Sizin təşkilat İranı adlanan siyasi varlıqda onlardan soruşuram federalizmə nə cür yanaşırsınız? Sizdən soruşuram ki, konfederalizmə nə cür baxırsınız? Və istiqlala hətta, istiqlala nə cür baxırsınız? İstiqlala baxdığımızla istiqlalçılara baxdığımızın fərqi yoxdur. İkisi də birdir. İstiqlal hər bir cərəyanı siyasi və hər bir insanın haqqı var, hər düşüncə sahibi olsa olsun və o düşüncəsini həm təbliğ etsin, həm organizə etsin, yəni təşkilat olsun. Onu Birləşmiş Millətlər İnsan Hüquqları Bəyannaməsində qeyd olmuşdur və bu Azərbaycanda və külli İranda və dünyada rəsmiyyət tanımasına biz çaba və çalışma göstəririk. Ona görə istiqlalçı və istiqlal tələbi də bir siyasi tələb kimi, normal tələb kimi meydanda olmasını çox demokratik və normal bir iş görürük. Ona görə ondan heç bir xusumət davranmaya gərək görmürük. Çünki haqq, onun hüquq deyir, onun haqqı cüzdür olsun. Ona görə ondan daha çox işlərin məqasidimizə, daha hədəflərimizə daha yaxınlaşmaqda, yaxınlaşa bilib işbirliyi aparmağa daha çox düşünürük. Ta ki onun qarşısında duraq filan. Amma bu istiqlalçının bu siyasi alanda olumsuz bir yəni Azərbaycanı və Türk xalqını ziyan verici bir durum olsa onu da tənqid edərik, ki, tənqid edirik o fikri. Konfederalı necə tərif edirsiniz? Necə? Konfederalla federalın fərqində hani bölgə dövlətləri ya yerel dövlətlərin daha çox hüquqa malik olmasıdır. Fərqliyi biraz oradadır. Əlbəttə bilirsiniz, xod federalizmi də dediyimizdə federalizm də çox çeşitli bir federalizmdir. Məsələn, Rusiyada da federalizm vardı. Məsələn, deyək ki, Kanadada da ya məsələn, burada Belçikdə də federalizm var. Burada çox güclüdür məsələn federalizm və ya Kanadada məsələn çox güclüdür. Demokratik federalizmdə, yəni bir müşahidəti federalizm var ki, çox yaxındır. Yəni hüquqlar o qədər məsələn bir-birinə uzaqda, yəni dövləti, mərkəzi dövlətindən, yerel dövlətlərin güclərində yəni fərq var, amma çox ciddi deyil. Məsələn, daha çox hüquq sahibi olduqca yerel dövlətdə o qədər konfederalizmə tərəf yürümək deməkdir. Konfederal yəni nə mənə? Özü əvvəl yəni nə mənə? Konfederal yəni nə mənə? Sistemdir ki, bölgələrin daha çox istiqlali öz siyasət yürütmələrində vardır. Yəni müstəqil deyillər amma. Müstəqil deyillər. Yox, müstəqil bir ölkədilər, amma yerel dövlətlərin daha çox yəni öz haqları, yəni özlərini idarə etməkdə haqları var, istiqlali əməlləri var. Məsələn, mən bunu baş tapmadım. Məsələn, kim? Məsələn, hansı ölkə belədir? Bu ölkələrdə əlbəttə bizim bu gün düzgün konfederal dövlətimiz yoxdur, amma Suisdə yəni ad konfederal gəlir, amma əməldə biz bilmirik. Yəni mən dəqiqçi olmamışam ki, federalizmlə fərqi nədir, amma hər halda tərifdə budur ki, yəni biz bunu tarix belə eşitmişik. Mən təhqiq eləməmişəm. Yəni bu gün elə cənabınızla sual üçün gəldi, ona görə bunu o əvvəl gündən də bunu saxlamışam zehnimdə. Burada soruşuram. Konfederal biz belə bilirdik ki, məmləkətlər müstəqildirlər coğrafi olaraq. Sonra gəlirlər, birləşirlər, bir dəlail, məsələn, Avropa kimi. Bunlar bir konfederal, yəni müstəqil məmləkətlər gəlirlər, mərzi götürürlər, şeylər götürürlər, bilirlər, məsələn, birləşirlər. Belə bir şeyə konfederal bilirdik. Aha, diqqət edeyim. Bir dənə də burada sözü açıldı ki, mən ona cavab verim. Çox mühüm məsələdir ki, məsələn, mərkəzçilər tərəfindən federalizmin qurulmasını belə tozih edirlər ki, müstəqil məmləkətlərin bir araya gəlməsi ilə federal dövlət qurulur, ya konfederal dövlət qurulur. Federal və ya konfederal. İstidlalları budur ki, biz eləyə bilərik İranda federal düzəldək, çünki İranda fərqli dövlətlər yoxdur ki, birləşsinlər, federal qursunlar. Amma bizim istidlalımızda federalizmi əldə etmək iki yolla olmuşdur. Bir, fərqli dövlətlərin bir araya gəlməklə olmasıdır. Məsələn, Amerikanın federal ucusudur. Alman da bir tür ucur olmuşdur. Amma çoxlu federallar vardır ki, içdə, yəni dərayət-i siyasi əsasında liderlərin o mərhələyə gəlib və federal sistemini qurmaqla məmşədir. Məsələn, Hindistan özləri qərar vermişlər ki, ora federal olsun. Məsələn, Belçik 1971-ci
bir daha təmərküz icra bir sistemi var idi. 1971-də sistem təmərküz icradan federal sisteminə keçdi və ölkə 3 kantonun düzəlməsi ilə, 3 iyaləti dövlətin düzəlməsi ilə formalaşdı. Yəni, Etiopiyada məsələn federalizm taza düzəlmişdir və çoxlu yerdə federal dövlət iç siyasi dərayətdən qaynaqlanan forma ilə meydana gəlməsi mümkündür. Amma bunu belə desək daha yaxşı olar federalizmlə konfederalizmin fərqini. Federalizmdə eləyə bilər bu federalizm sistemi güclü olsun ki, orada mərkəzi dövlətin çox haqqı olsun. Məsələn, indi deyək Rusiyanın federalizmi. Amma konfederal formada bu iş mümkün deyildir. Konfederal formada bölgələr yəqinən çox öz siyasətlərini aparma müstəqildir və mərkəzi dövlət iqtidar sürə bilməz ona. Belə düşünsək daha düzgün olar. Yəni federal formada iki form var. Bir, mərkəzi dövlətin iqtidarı çox ola bilər yerel dövlətdə də Rusiya sistemi. Federalda deyil, mən konfederaldan üstünlük yoxdur. Konfederalda, yox, federalda təmərküzü qüdrət ola bilər bəzi şəraitdə ola bilməz. Məsələn, Rusiyada təmərküz, dövlət mərkəzinin qüdrəti çoxdur və federalizm Belçikdə dövlət mərkəzinin qüdrəti azdır, düzgün federaldır. Amma konfederalda dövlət mərkəzinin qüdrəti ola bilməz. Yəni, hətmən ki... İndi, Avropa Müttəhid, bu konfederaldır. İndi konfederal formudur. Yəni, onlar istəyirlər, bəlkə onun adını konfederal qoymurlar, federal istəyir, Amma bu günləri əməldə konfederal formundadır. Bu məmləkətlər özləri idarə olur və bir mərkəzi şeydə də yürüşüblər orada bir məşvərətlə bir... Əlbəttə, bu hələ o... Yəni, bilirsən, Avropa Birliyi hələ varmayıb istədiyi yerə, istədiyi sistemə varmayıbdır indi. Məsələn, müştərək ordusu yoxdur. Çox yerdə də, məsələn, bəzi bölgələrinin pulu fərqlidir filandır, yəni müştərək pulu yoxdur filan. Yəni, ora getməkdədir. Ora gedəndən sonra deyəcək ki, bu konfederal formudur ya federal formudur. Sizin təşkilat bugünkü İranda bir konfederal sistem qurulmasına necə baxır? Yəni, elə müsbət baxır ki, elə müsbət baxır ki, olursa, əlbəttə bunu dedim, bunlar siyasi güclərin dəngəsindən formalaşan bir şeydir. Biz burada indi üçün ideal sözlər danışırıq daha çox da. Mən əlbəttə çalışıram ki, ayağım yerdə olsun, çox şeylər danışmayayım. Düzgün, yəni müstədəl danışmış olaq. Amma məsələ budur, güc dəngəsi nə cür qurulursa, əgərsə güc dəngəmiz zəif olsa, qurduğumuz federalizm də zəif olacaqdır deməkdir. Amma güc dəngəmiz yerində olursa və məsələ deyək də %51 ölkə boyu başqa xalqlarla, demokratlarla bərabər %51 əldə edilmiş o məclisdə, onda o istədiyimiz, arzu elədiyimiz sistem, yəni anayasanı yazıb və konfederal formunda federalizmi yarada bilərik. Çünki adında federalizm niyə qoyuruq? Diqqət edin, bir dənə cümlə deyim. Biz federalizmdən danışmalıyıq, amma konfederal qurmağa tərəf gedə bilərik. Lazım deyək konfederal adını deyək və qorxudaq birini. Necə ki, istiqlalın adını verilməmək lazımdır ki, qorxmasın. Federal adı ilə kütlər gedirlər ki, istiqlal qurmağa. Olur, mən də bunu cənabınıza ərz elədim, dediniz ki, siz öz yanınızdan deyirsiniz. Ərz edeyim xidmətinizə ki, dünya gücləri, qonşu ölkələr. Bir əvvəldən deyil. Dünya gücləri, əvvəl qüdrətlər, qonşu ölkələr, İran adlanan yerdə türklərin istiqlalına necə yaxınlaşırlar nəzərinizə? Ya yaxınlaşarlar gələcəkdə? Bu pəncərə siz indi bu sualı tərh eləmişsiniz. Çox alladıcı bir pəncərə sual ola bilər. Çox alladıcı. Çünki biz bu suallardan, istintaclardan elə bilə oraya çıxaq ki, kollən başqa dövlətlər başqa yanında qonşudur. Heç bir dövlət başqa dövləti özündən güclü istəməz. Çünki rəqabət var da, güc rəqabəti, güc balansı var. Ona görə dünyada heç dövlət başqa dövlətini özündən güclü istəməz. Biz bu istiqlaldan, əgər istəsək istiqlal federalizmə yetişək, onda çox böyük zərər görərik. Bu söz, yəni bu da ölkə, o birisi ölkənin özündən güclüsünü istəməz, bu başqa sonuclar verməz. Yəni, istiqlal federalizmə dəxil olan bir mövzu deyildir. Yəni, bu məsələ. Dünyada hakim olan, hamı bu cürsüdür. Mən əslən bu zehnimdə yox idi mənim. Haradaysınız getdiniz bura? Mənim sualım bu deyil. Qabaqca bunu demişsiniz. Qabaqca bu sualı verdiniz ki, ərəblər
İranın zəifliyini O ayrı bir istəyirlər. şey. O ayrı bir şey. Aslında o bəhsə qeydməyim. Mənim zehnimi dağıtmıyor. Metodik baxırsan, metodik baxırsan həman sualdır. Mənim sualıma cavab versəz, Tamam. çox rahat keçərim. Tamam, cavab buyurun. Dünya gücləri, qonşu ölkələr, İranda Türklərin və Azərbaycanlıların istiqlalına necə yaxınlaşırlar? Onun cevabı gün kimi aydındır. Ölkələr hamısı uluslararası hüquq nə deyirsə o əsasda Azərbaycan və Türklərin hüququna baxarlar. Uluslararası hüquq belə heç yerdə işlənmir axı. Hər yer işlənir. Türkiyə getdi məsələn Kürdlərin nəzər səncəsini qəbul nə idi o Əraqda referendumu qəbul eləmədi. Vurdu getdi İranla Türkiyə. Çox gözəl. Cinə gəldiniz gözəl yerlərə ha. Özünüz gəlirsiniz, düz düşürsünüz o gözəl yerin ortasına. Mən cavabınızda nə soruşuram? Soruşuram ki, bölgə dövlətlər, belə dünya gücləri bizim istiqlalımıza necə baxarlar? Bir daha problem var. Qoyun biz ona bir genel cevap verim sizə. Ki, niyə? Baxın, bir təsəvvür vardır. Baxın, genellik alsın, sonra mən soruşaram. Yox, onu deyim. Cevap budur. Onun cevabı çox aydındır. Cevap budur ki, ölkələrin hamısı ələlxüsus Orta Doğu, Afrika, Orta Doğu, Asiya. Bu ölkələr hamısı multietnik dövlətlərdirlər. Bu bir dana zərərli bir şeydir. İstiqlalçılara zərərli bir şeydir. Niyə? Bu deyir ki, bir yerdə, bir ölkədə istiqlaliyyəti, rəsmiyyətə tanırsa bu dövlətlər, bir ölkənin üçün bitdi. Bax, belədir qanunda. Məhkəməyə bir daha istiqlal şey aparırsan, məhkəməyə istiqlal tələb aparırsan. Beynəlməli məhkəməyə mənzurumdur. Orada o məhkəmə, məsələn, bu şəraitə görə qəbul olur. O şəraitdə olan millətlərin hamısı hüquqi cəhətdən istiqlal almağa haqq taparlar. Məhkəmə ucuzlu bir şey. Can Şamili. Munayyə Salih bəy burada var, təyin edə bilər. Ucuzlu bir şeydir. Bir də diqqət edin, bir dəqiqə qoy cümlə qutulsun, ondan sonra deyirəm. Qoy cümlə qutulsun. Ona görə əsas məsələlərdən ki, Orta Doğuda və bu cür ölkələrdə ki, multietnik var, bir yeri qəbul eləsələr falan, heç yeri qəbul eləməsələr, sübati siyasi orada daha çox olar. Bir yeri qəbul eləsələr, hər yerin sübati siyasi dəyər bir-birinə. Əsas argüman, siyasi diplomasi da budur. Buyurun. Arz edeyim xidmətsə, o zaman ki Rusiya getdi Ukraynada, o iki dana ustandə dedi bunlar şeydilər, Ruslar əksəriyyəti referendum eləyək, bunlar mülhəq eləyək özümüzə, ya müstəqil eləyək. Mən orada bir məqalə yazdım ki, bu çox gözəldir bizə, bizim üçün. Məsələn, Türkiyə sabah deyə bilər ki, Azərbaycan əksəriyyəti türkdür, burada referendum eləyək. Qoşulurlar bizə ya yox, şərait değişsə. Yəni bu bizim beynəlmiləl qanunlar buna yer verir. İndi orada bir dənə ülkü yarandı. O ülkünü əgər dünya qəbul edirsə, məcbur sabahları mən də desəm ki, məsələn deyirəm, məsələn, Azərbaycanla yığışda 1 milyon imza topladılar ki, biz istiyoruz müstəqil olaq, ya Türkiyəyə qoşulaq. Məsələn, bunu göndərdilər Türkiyəyə dedi, mən bunu aparıram şeyə, Sazman illərə, ya hər yerə. Bura şeydir, mən burada istəyirəm referendum olsun. Bu millət belə bir şey istəyir. Referendum da dünyada çox yerdə olubdur. Məsələn, şeydə olubdur, Bəhrində olubdur, İrandan ayrılanda və çox yerdə referendum olubdur, insanlar da ayrılıblar, müstəqil olublar. Savaşa da ehtiyacı yoxdur. Yasal qanunda yox idi. Baxın, siz yasal zəminə işarə edirsiniz. Hətta yasal məsələsi də yox idi. Amma millətlər istədi. İndi Rusiyada o işi gördü. Bizim bulağımızın dibində. Bizə də bir dənə zəmin yarandı, hüquqi olaraq. Onu fəqət istədim ərz edəyəm ki... Qoyun, mən də təfsirimi deyim də. Buyurun. Mən təfsirimi deməsəm, sizin sözü təkmil olmaz. Buyurun. Yəni, eşidən bilər ki, iki yönü də var. Baxın, əvvəla Ukrayna savaşı sərnəveşdi. Ukrayna nəyə gəldi savaşa? Dedi ki, sizin haqqınız yoxdur ki, NATO'ya üz olasınız. NATO'ya üz olasınız. Yox. Donsk'in üstündeydi, sonra NATO gəldi, NATO qəziyyəsi sonra gəldi. Yox. O iki yəni, əsli məsələ Ukraynanın özüdür. Yəni, bunlar, yəni o, baxın, əvvələn bir daha emperyalizm dövlətdən danışırıq. Rus və
yəni atomi gücü olan bir dövlətdən danışır Rusiya. Bunu Türkiyənin zadla heç bir dövlətlə qiyas eləmək lazımdır. Rusiyanın tarixinə də get bax orada. O ondan heç kəslə müqayisə olmaq lazım. O özəl bir durumdur. Amma indi Rusiya girdik Ukrayna girdi ki, sənin haqqı yoxdur, NATO üzv olasan. Baxın, eyni halda Suedlə Finland eyni halda girdilər NATO'ya. Yəni iki daha NATO'nun yüzü çoxaldı və indi də Zelenski deyir ki, savaş bitəndən sonra biz diyor savaşmıyaq da, girmədik, dedik at, girmərik. İndiki savaşmışıq, savaş bitmə həmin girəcək NATO'ya və NATO da o saatı gözləyir. Dedilər ki, olacaq. Yəni onun siyasətində 3 tane NATO'ya üzv girəcəkdir ora. Və bu gəlib Ukraynadakı alanmadır. Ukrayna yerində durdu. Yəni bu günləri bir daha da diqqət edin. Ukraynada tamamı Avropa və Amerika məşğuldur ki, bu Ukraynada uçuşsun da, yəni Rusiya geri otursun filan. İndi fərsi savaşı çöydük da, yəni istədiyinə çata bilmədi. Və hətta bir dövlət yerinə iki dövlət üzv oldu, o üçüncü dövlətdə gözləyir. Və Ukraynada qazanmayınca, baxın, burasına diqqət edin. Əgər Rusiyada, Ukraynada utuzursa savaşı, bizim xalqların daha çox azadlığına səbəb olacaqdır. Yəni, indi Gürcüstan, Azərbaycan, Ermənistan, hamısı, bu balaca şəkil ölkələr, hamısı arzudadırlar ki, Rusiya orada tutsun. Onlar Rusiya orada tutsa, bu məmləkətlər Rusiyanın məntəqi nüfuzundan azad olub istədiyi ölkələrlə əlaqə qura biləcəklər. Diqqət edirsiniz. Siz yəni burada elə bir şey danışdınız ki, əmələn, yəni əgər deyirsiniz Rusiya filan, əmələn onda Azərbaycan əleyhinə danışdınız. Əgər diqqətli olmasanız, yəni Cumhuriyyətin əleyhinə məqsud. Ona görə indi Azərbaycandan siz baxın, gedin təqib edin bəhsləri. Azərbaycan da hamısı balaca ölkələr Rusiyanın əsarətindən qurtarma şərti var. Əgər Rusiya, Ukraynada uçursa. Ona görə bizim arzumuz oranın utuzmasıdır. O qazanması, Rusiyanın qazanması yoxdur. Rusiyanın utuzması bu savaşda. O başqa bir şey. Amma mənim sorum çox sadədir. Bilmirəm niyə siz də rahat siyasətdə sadə bir şey yoxdur. Siyasətdə sadə bir şeyimiz yoxdur. Yox, məsələn heç sadə sadə yoxdur. Mənim sualım budur ki, qonşu ölkələr, deyəcəksiniz qonşu ölkələr Pakistandır, Hindistandır, Rusiyadır, Azərbaycandır, Ermənistandır, Türkiyədir, Ərəb məmləkətlərdir. Məsələn, bunların hərəsinin mövzei nə olar Azərbaycan istiqlalına görə? Bunu analiz edəcəksiniz. Dünyanın bir-birinə vurmağa ehtiyacımız yoxdur. Ondan sonra da əvvəl qüdrətlər neynərlər, Fransa neynər, Alman neynər, Rusiya neynər. Siz bilirsiniz niyə sualı sadə mətrə eləmək istəyirsiniz? Niyə? Qəşəng bilirsiniz. Çünki sadə sualın cavabında sizə mənfəət qazanarsınız. Yəni, onlar müxalifdirlər gedər istiqlala. Amma həqiqət yaşam sadə deyil. Diqqət elə, biləsən. Həqiqətdən nə yaşam sadədir, nə siyasət sadədir. Bizim bu günlər, bu burada əlimizdəki qələmi qoyuruq yerə, bunun etkisini dünyanın o tərəfində siz biraz da kuantum fizikindən oxusaz daha yaxşı olur. Kuantum fiziki ilə biraz da siyasətə müdaxilə verirsəz, onda bu sadə suallar heç vaxt soğuşmazsınız. Heç vaxt soğuşmazsınız. Və yəni sadə suallarla mürəkkəb bir cavaba heç zaman yetişmək olmaz. Cavabı Şamili. Baxın, sual çox sadədir. Nədir? Deyir ki, ölkə bölgələri analiz edəcəksin Azərbaycanın istiqlalına görə. Yəni, cənabınız, əvəzin ki, bunları deyəsiniz, mənə deyəcək ki, Hindistan bu mövzeye götürər, Ermənistan bu mövzeye götürər, Azərbaycan bunu, Türkiyədə bunu, Amerikada bunu, Fransada bunu. Baxın, sizdən müşəxəs sual yeri analiz eləmək istəyirəm. Vəziyyəti. Mən dedim, ora cavab verdim. Mən ora cavab verdim sizə o sual. İndi yadınızdan çıxmıyor. Baxın, mən dedim ki, tamamı ölkələr başqa ölkənin, məsələn, güclü ölkəni qonşularının ya başqa ölkələrin özündən güclü istəməzlər. Bu siyasətin, çünki siyasətdə mənfəət məsələsidir. Mənfəət də nə cür əldə olunur? Güclə. Yəni, hər dövlətin gücü çox deyil, o daha çox mənfəət qazana bilər. Ona görə heç dövlət başqa dövlətin güclənməsini istəməz, zəifləməsini istər. Amma bu zəifləməsini istəmə, bu deyil ki, gedək o məmləkəti dağırda. Oradan ayrılsa bizə mənfəətimizədir. Onu desə, məsələn, deyək, Pakistan desə ki, gedək, məsələn, Güney Azərbaycandan himayət edək, oradan İrandan ayrılsın. İran da deyəcək ki, gedək Bangladeşə deyək ki, Pakistandan ayrılsın, məsələn. Onda, yəni, nə mənim, onda dünya dəyər bir-birinə. Elə ona görə bu torpaq bütövlüyü ilkəsi gəlib yazılıb ki, dövlətlər əyaqların dəng tutsunlar, yoxsa özləri sətmə görərlər. Tamam. İranın coğrafiyasına baxanda, burada oturmuşsunuz indi evdə, buradan baxırsınız İranın coğrafiyasına. Nə görürsünüz? Nə görürəm?
Bir dənə pişik görürəm ki, başı yazıqdır. Başına bəla gəlmiş bir durumdadır orada. Azərbaycan. Necə yəni? Nə görürəm? Elə fəqət bunu görürsünüz. Yox. Yəni, bir dənə pislik O, görürsünüz. İrana buradan baxanda hər zalı görmək olar necə yəni? Ya, mənə Yəni, görürsünüz, sualınız biraz genel sualdır. Mən gərək kəşf edəyəm ki, nəyə cavab verəm, seçəm ki, hansı bölümünə cavab verəm. Yəni, sualı biraz dəqiqləşdirsəz, siz də bəlli olar nə deyil, soruşmaq istəyirsiniz, mən də bilirəm ki, nəyə cavab. Siz ideolojik olaraq, buradan baxanda onu nə görürsünüz? Partiya olaraq, yəni, təbii ki, mən sizdən soruşa bilən iqtisadda nə görürsünüz? Amma onu da soruşam. Yəni, siyasi devlətə, yəni, siyasi iqtidara baxdığımda nə görürəm? Oradan evinizdən oturmuşsunuz, ora baxanda İran zehninizə gələndə nə gəlir zehninizə? Zehninizə gələn nədir? İrana dedik, indi yaxşı, tamam. Oradan məsələ gələr zehninizə. 20 dana, 50 dana. Qulaqsın. Hə, düzdür, kamilən düzdür. Qoyun bunu da deyim onda. Mən çox şeylər deyə bilərəm orada. Baxın, amma bizim gözlüyümüz var da, sizin gözlüyünüz var, mənim də varımdır. Sizin gözlüyünüz nasyonalisti gözlükdür, mənimki sosial-demokratik gözlükdür. Bunun içində... Dəyişdirir. O bilirsən nə oldu? O oldu daha aşırı nasyonalizm. Ərz olsun ki, bu gözlük, ideolojik gözlük bizdə vardır, hamımızda, hər siyasi insanda vardır. O pəncərə təyin edir ki, yəni haranı görək, haranı görməyək. Mən istəyirəm ki, məsələn, İranı gördüyümdə mənim sözüm budur. Mənim sözümdən, mənim danışdığımdan, təhlilimdən, analizimdən mənə qulaq asan insanlar ki, fikirəm, yəni istəyirəm ki, Türk insanları mənə qulaq asın, daha hər zatdan qabaq. Ondan sonra ayrılanı da əlbəttə istəyirəm qulaq asın mənə. Amma daha çox öz xalqımı istəyirəm qulaq asınlar. Mənim sözlərimdən həqiqətə, reallara, rasyonal düşüncəyə dayanaraq düzgün anlayış əldə etsin. Yəni, şüar verməyim, ehsasatı qapsanmayım, çox negativ olmayım, qorxutmayım, qaçıtmayım, diskitməyim. Elə bir söz deyim, onun canına yazsın. Baxın, yenə də mənim sualıma cavab vermirsiniz. Yəni, hər şeydən danışır. Sizin sualınızın cavabıdır, sizin xəbəriniz yox. Əslən cavab deyil. Mən istəyənizə soruşuram ki, ağa, buradan baxanda İrana nə görürsünüz? İrana baxanda zülmü görürsünüz, xoşbəxtlik görürsünüz. Bunlar mənə ki, hər şeydən danışırsınız, illa cavab. İran, tamam, məni bağışlayın. Burada biraz haqlı ola bilərsin. Ərz olsun ki, İrana baxanda əlbəttə ki, uzaqdan baxdığımızda bir ölkə görürük ki, orada həqiqətən zülmlə bərqərar olmuş bir durumdadır və həqiqətən bizim vəziyyətimizə, bizim xalqımıza baxanda zülm hər kəs olur orada. Bizim xalqımıza yəni iki qat zülm durumundadır. Yəni bizim ora yəni bir mücadilə, bir demokratik mücadilə var orada gedir. Amma bizim mücadiləmiz xalqımızın özəl durumuna görə bir milli mücadilədir. Fikir edirik ki, əgər o demokrasiya çatmaq istəyirsə orada, yəni bir məmləkət demokratik quruluş olmaq lazımdır. Yolumuz bizim ora getməyə əvvəl milli azadlıq mücadiləsi və sonrası onu bərqərar, o demokrasiyini bərqərar etmə. O zülmün qarşısında bura getməliyik. Biz indi bu işlə, hani, nə bilim, 40 ildir, 50 ildir, qorxuram bu il sayını çoxam, hər kəs bilsin ki, yaşım çoxdur. Ona görə 40 ildir. Ərz edim xidmətinizə ki, bir dənə mən içəridə olanda zülmü müzaifi işlədirdim. Sonra çıxdım eşliyə, dedim ki, bu zülmü müzaifi nə ilə ölçürük deyirik müzaif və nə qədər müzaif? Acaba bir qat müzaif, 2 qat müzaif, 100 qat müzaif? Məsələn, mən baxanda, siz neçə qat müzaif görürsünüz zülmü? Yox, baxın, qat baxımından, yəni 2-dir, amma o ikincinin içində, məsələn, deyək ki, zülmü müzaifin, yəni birinci istibdaddır, ikinci istimari müzaif. İstimarın içində siyasi zülmü var, iqtisadi zülmü var, kültürel, dil, ədəbiyyat zülmü var. Niyə bir qat deyirik onda? Deyək ki, məsələn, 100 qat. Niyə deyəmirik 100 qat çoxdur, deyirik ki, bir qat çoxdur? Yox, yəni biz, yəni bilimsel yanaşmada və xalqımızı istəyirək birinə danışaq, sözü uzatmadan bir daha bəzən bir cümlə deyirsən, məsələn, ırqçılıq deyirsən, amma bu ırqçılığı bir nəvər bilimsel baxırsa, bu ırqçılığın tərifinə nə yerləşir?
qadınlar bundan nə zülm çəkirlər, uşaqlar nə zülm çəkirlər, böyüklər nə zülm çəkirlər, iqtisadi sahədə nə zülm olurlar, siyasi sahədə nə necaətpərəstlik, irqçılıqda olur. Onların bir kəlməni deyirsən, amma bir kitab söz danışırsan. Qoy bir dənə misal vurum. Bəlkə mənim zehnim şey olsun. O zülmü müzaəfi istəyirəm ha. Bu müzaəfdə mənim çox belə müşkülüm var. Biri budur. Bir dənə türk xanım xanımlıqda Tehranlılardan zəifdədir. Yəni zülm altındadır. Burada deyək elə %100, ikisi də birdir. Amma bunun din haqqı da yoxdur. Burada 200'ə çıxdı. Bunun məsələn yaxşı coğrafi haqqı da yoxdur. Məsələn vətən haqqı. Yəni bu Azərbaycanda hesab olmur da, İranda hesab olmur məsələn. Və məsələn bunun filan haqqı da yoxdur, bəhman haqqı yoxdur. Yəni o haqqı ki Tehranda xanımların varlarıdır, bunun yoxdur. Hər neçə ki yoxdur, o qədər bu izafi zülmüdədir. Yəni biz niyə deyirik 2 qat? Niyə deyirik məsələn yüzlər qat zülmüdədir? Siyasi haqqı yoxdur, huquqi haqqı yoxdur. Məsələn din haqqı yoxdur, amuziş haqqı yoxdur. Və. Yox, orada haqlısınız, amma bir dənə orada məsələ vardı. Sizin yəni istəyirsiniz toplum ağah olsun da, elə də maarifləşdirmək istəyirsiniz. Siz bu məsələləri, dilizi, formunuzu kategorizə eləməlisiniz ki, qısa formada böyük söz, yəni geniş sözlər deyə bilərsiniz. Yoxsa, məsələn, mümkündürsə deyələr sizin 5 dəqiqə vaxtınız var, burağı sayınca bitər, amma bir kəlmə desəz daxili istimar, o da bizdə daxili istimar nədir? Sən sözümü yetirmirsən. Sən məcbursan özünü, yəni dilini, sözünü organizə edəsən ki, qısa zamanda geniş söz deyəsən, çox söz deyəsən. Məsələn, müzaəfin yerinə deyək 100 qat. Məsələn, nə iradı var? O, həm izləyəcək. İkinci bina dəlil deyim sənə. İkinci dəlil deyim. Siz gedərsiniz bir daha məsələn bir insanı, türk insanı Tehranda tapasınız ki, bu milli maarifləşməsi yoxdur. İstəyirsiniz onu ağır eləyəsiniz. Ona deyəsiniz ki, qardaşım, ya bacım, sənə 100 qat zülm olur. Ya da deyəsiniz ki, qardaşım, xəbərin var, ya bacım, xəbərin var ki, sən təhqir o zülm altındasan. Bunun hansısın daha rahat cəzb edəcəksən? 100 qat zülm olursan, qulaq, desən 100 qat zülm olursan, o düşünəcək 100 qat. Amma desən sənə zülm olur. Sənə 100 qat Fars xanımından çox zülm olur, daha rahat düşünər. Çünki onda deyək doğru deyil, babadır. Yox, o doğru demə. Onda sənə deyəcək o 100-dən adın çək. Amma desən 100-dən, ona sən mümkündür otobusdasan, vaxtın yoxdur, ondan bir dəqiqə vaxtın var. Deyəcəksən zülm olur sənə, o deyəcək, o səndən soruşacaq, nə zülmü? Sənə 100'ü başlayacaqsan. Müzaəf gərək müzaəfə oturasın, tozih verəsən ki, müzaəf yanına mənə. Həm ərəbcədir, həm mən bilmirəm. Yox, 2 qat denə, türkçədə desən 2 qat. 100 qatla 2 qatın bir gözəl şeyi var. Yox, 100 qat desən qorxudacaqsan, ya da bu 100 nəymiş baba? Hər halda o da siz olacaq deyin, amma mən sadə formu tapım desək yaxşı olar. İranın coğrafiyasına baxanda daha nələr görürsünüz? Yəni, bu sahədən məncə ki, indi biz bunu danışdıq. Əgərsə qəsd və qərəz buna izah etməkdir, gərəkli deyil çox daha, yəni ki, o mövzuya. İranda baxanda bizim durumumuz əlbəttə ayrı məsələdir. Bu bizlə Türkiyə, Azərbaycan əlaqələri də bir söz konusudur İranı görəndə. Mən biraz narahat oluram. Bu, yəni bizim... Lütfen, bir də buyurun, həvasım çəkdi, bir də buyurun. Bu bizim İran məsələsi siyasi coğrafiyasına baxanda və Azərbaycanın öz Azərbaycanımızın durumuna baxanda Azərbaycan və Türkiyədən biraz narahat oluram ki, laqeyd qalmışlar bizim sərnöştümüzə. 100 il laqeyd qalmışlar bizim sərnöştümüzə. Bizim padişahlarımız, yəni qurucu babalarımız 1000 il tarixdən, minə ötürək son məsələn 250-300 ildə yəni milli kimliklərinə laqeyd qaldılar, bizi bu fəlakət saldılar, amma qonşu devlətlərimiz bu məsələdən ağahdırlar. Əlbəttə, su Türkiyə ki, yəni milli devlət qurmuş orada, dəqiqən bunları kəlmə-kəlmə bilir və o üçün böyük bir dövlətdir. Dəqiqən də bizim vəziyyətimizdən İrandan xəbərdardır. Yəni, dəqiqən, cüziyyat, hətta bizim kətlərimizdə, kətlərimiz, şəhərlərimiz, sayımız, hər zadı bilirlər, hər zad. Amma 100 illa qeyd qalmaları nə deməkdir, qardaş? Yəni... Tamam. İranın coğrafiyasına baxanda bu dövlət, İranın dövlətini necə görürsünüz? Necə hər görürsünüz? İranın dövləti, bugünkü İranın dövləti tarixin ən geriyə qalmış model dövlətidir. Yəni dini dövlət. İdeolojik dövlət yox, hatta ideolojik dövlətin
ən geriyə qalmış modelidir. Yine məsələn. Deyək ki, Stalincil ideolojik dövlət qurdular. Yəni, amma mesela Stalin, indi baxanda fərz edək, teknoloji sahəsində Rusiya o zaman, Stalin dövründə də mesela Rusiyada çok büyük gelişmeler yani. Çok büyük yani gelişmeler. Teknolojik sahada, insani sahada zülm, öldürmə, can filan. Ama bunlara bak. Şeyden ben Molla Ömer'in şeyi soruşurdum. Bir de müsahibəsində qulaq asırdım. Soruşurdu ki, siz ve Afganistan'a yani teknoloji filan, elm, bilim getirmeyeceksiniz. Dedi bizim elm ve teknolojiyle ne işimiz var? Molla Ömer ha. Dedi biz buraya İslam getirmemiz lazım. İndi belə bir geriye kalmış hakimiyyətlə. Ondan sonra da həqiqətən indi İranda belə ki gəlibdi. İndi görürsünüz də İran içində müxalifət, özlərinin içində, yəni cəngi qüdrətlər, savaş aralarında çox ciddidir. Ki indi yavaş-yavaş Əhmədinəcad da gəldi, özün eləyib kandili falan. İndi bunlar arasında nə olacaq? Ümid edirəm çatışma çoxalsın və gərginlik için atsın, topluma yayılsın və toplumda bir etiraz meydana gəlsin. Amma o göstərir ki, yəni bugün hatta özləri də dağılmaqda və indi bir oligarşinin, yani bir seri insanların, diye mesela o zaman Faslar deyirlər Hezar xanəvadə, yani 1000 ailənin adı, 1000 deyirlər, bunlar heç 1000 zat deyirlər, bunlar bəlkə 100-150 ailədilər, bir-birindən əlaqədə filan bu hakimiyyəti ayaqda saxlamağa çalışırlar. 300 ailədir, aləmi dedik deyir 300 ailədir. 300? Aləmi dedik də. Bəli, deyirəm, elə o cür. Dəqiqən o cür bir modeldə. Ona görə bu həqiqətən oligarşının, yəni dini oligarşının hakimiyyəti, yəni ən gerici və ən baskıcı bir modelle hakimiyyət, İran hakimiyyətini tanımaq olar indi. Amma mən bu gün bir daha təhlil yaydım. İran rejiminin şəraitə baxdığımızda İran rejimi gedir ki, yani atomi silahı sahibi olsun ve hiç kəsə reaksiya verməsin. Bu gün bunu təhlil yaydım. Farsça danışmışam orada. Çünkü istəməm o başka toplumlarda eşitsinlər falan. Yani durum İran'da hani bu çok pis olacaktır. Yani eğerse bunlar, yani ne Amerika'nın iradesi görsənir, reaksiya versin İran İslam Cumhuriyeti'nin karşısında, ne İsrail'in için Amerika Ukrayna'da məşğuldur. İsrail Qəzzədə məşğuldur. Kəsəm yani şey oldular, yani sarsıldılar. Yani indi İsrail'in ordusuna bir 3-4 il vaxt lazım ki, istirahat eləsin ki, bu orada özünü toplayabilsin, mental da özünü toplayabilsin, reaksiya versin. Amerika'da hem Qəzzədə ve hem orada yani məşğuldur. Əmələn, yani İran en büyük fürsət tapır ki, yani atomi silahın əldə etməsinə iş görsün ve mən fikir edirəm ki, heç kəs müqavimət etməyəcəkdir və bu belə bir iş görəcək və o cür olursa xarici müdaxilə İranda kəsilir və böyük bir daha fəlakət İranda yaranır. Çox böyük fəlakət. Yəni nə qədər və nə türlü baskın İranda emal edirsə etsinlər, xarici dövlətlər orada müdaxilə, silah, yəni atomi silah olursa xarici dövlətin müdaxilələrinin qarşısı alına bilər. Çox böyük bir fəlakətlə qarşı-qarşıya dura bilər. Bəli. Fars dilli insanlara necə baxırsınız? Fars dilli insanlara səndən özüm kimi baxıram. İnsan. Mənə necə baxırsın? Sən elə gözəl oğlansan. Sağ olun, var olun. Farsları necə görürsünüz? Yəni onlar nədir bir insanlar, toplum falan görürsünüz? Biz teorikən xalqlar görürük. İslam Cumhuriyeti'nin baxmayaraq ki onun yani Bafti etnikisi Fars, yani devletçiliğiydi. Etniki cəhətdən Fars etniki devletiydi ama Farsların seçtiği bir devlet değildir. Biz de görürük şimdi Fars toplumu da ondan mücadilədə və savaş və can vermədədir. Ama bir daha şeye diqqət mərkəzinə almalıyıq. Geçen 100 ildə Fars devletçiliği deyirik. Adı Fars devletçiliği. İndi istibdadi devletçiliği ne? Ama çok güclücə Fars nasyonalizmin təqviyyət eləməklə Fars devletçiliğinin ayaq üstə durmasını yani garanti kimin verip yani cemaatin zihniyyətinə. Çox yani tanınmış bir fenomendir. Biz Fars xalqını bu sayede özümüzün karşımızda görə bilmərik. Bu zihniyyət karşımızdadır bizim. Zihniyyətlə də zihniyyətlə bərxurdur. Yani fikrinlə də fikri bərxurdular. Fikrindən fiziki bərxurd olmaz. İran rejimi bizim xalqla
fiziki bərxorddadır, baskı altındadır bizim xalqımız. Seytər altındadır, ondan da yəni fiziki ondan rəftar lazımdır ki, o yəni eləyə biləsən bəsarəti. Yəni vurub, sındırıb, yəni yıxmalısan ki, eləyə bilirsən, onun üstündən keçəsən və azadlığa yetişəsən. Amma Fars xalqında ya hər bir xalqında bir zehniyyət var, yəni fikir var, o fikirlə biz müqabilə edirik. Yəni indi burada bir daha gözəl yerə gəldik, yetişdik. Bir şovinisti ya ifrati nasyonalizm var deyə və təbliğ olub deyə. Amma demək olmaz ki, hər kəs bunu şey. Fars xalqının ən böyük bölümü uşaqlardılar. Yəni uşaqların ki, bizim yəni uşaqlarla nə ziddiyyətimiz ola bilər. Ya yaşlılar var, ya məsələn qadınlar var. Kəsən bu işlə, ya ki məsələn işçilər, yəni əkinçilər falan. Yəni bu məsələn Fars toplumunun siyasi kəsimi ilə bizim işimiz var. Orayla mücadilə fikri falan meyman da orayladır. Bir də bizim əsli təzadla fiziki bərxordumuz var. Düşməncə ondan danışır. O da İran İslam Cumhuriyyətidir. Başqa məsələlərlə sivilcə davranmalıyıq. Yəni başqa, indi burada Fars toplumunun siyasi hərəkətlərindən da, siyasi təşkilatlarından bunlara danışırıq. Orada onlarla da indi biz fikri mücadilə edirik. Onlar ifradi nasyonalizmi təbliğ edilər. Biz isə onun padizəhri nədir deyə onu vurmalıyıq. Elə buna gəldiyimizdə indi bir dənə söz meydana gəlir, bir sual meydana gəlir. Əcəba bu aşırı nasyonalizmi ki var İranda məsələn mərkəzlər təbliğ edirlər. Onun qarşısında aşırı nasyonalizm və ya hətta nasyonalizm qoysaq biz daha çox xalqı biz özümüzə tərəf cəlb edə bilərik. Ya yox, demokratik bir düşüncəni beynimizdə meyar tutsaq eləyə bilər xalqımızı cəlb edək. Yəni demokrasi əyarları ya demokratik düşüncəni padizəh kimi yəni nasyonalist ideolojinin qarşısında istifadə eləsək, xalqı daha çox cəzb edə bilərik, maraqlı olarıq, cəzzab olarıq. Yəni baxın, cəzzab olmalıyıq ki, eləyə bilsin, xalqımıza gəlsin. Ya yox, elə olaraq nasyonalist olmalıyıq. Biz də şeylərdən tutuyun, keçən padişahlarımızdan, onlar necə kuruşu öldürdülər, başını götürdülər, soxdular, məsələn, Qazana, ya məsələn, bizim padişahlarımızı necə kəsərdirlər, asardılar filan. Belə eləsək eləyə bilər Qazanaq. Məncə, bizim izmin teorisunda demokratik dəyərlərlə nasyonalizmlə qarşılaşmalıyıq. Bizim, ələlxüsus bizim xalqımız ki, beyni də, yəni öyrətimi də fars dilindən olmuş deyil. Sənin öyrətimin fars dilindən olur, sən yəni ora girayış tapırsan. Yəni, məyərin ki, bilib oradan özün qutarmış olurlar, bizimkilər kimi də qutarmışsan ki, yəni müstəqil fikir sahibi olmuşsan. Ona görə biz fikiririk ki, ideolojik cəhətdən o dil için istifadə edirik, demokratik dil və demokratik dəyərlərə o nasyonalizm, şovinizmin qarşısında istifadə etsək, daha çox zəmin qazanarıq. Həm öz xalqımızın yanında, həm başqa xalqların yanında. Yəni, sempati qazanarıq. O vasitələ daha çox götürürlər. Təşəkkür. İndi sizin mən Tehran haqqında, Kərəc haqqında, bu yerlərdə, türklərdə biraz əksəriyyət nisbidədirlər, onları bilirəm. Amma bir də onu soruşum sizdən, Cənab Usta. Tehranda türklər, farslar var. Oranın vəziyyəti, Oratay yerlərin vəziyyəti. Məsələn, deyək ki, Şirazda Qəşqayilər var, Üstanı Farsda, Şirazda yox. Şirazın özü də bilirsə, 57 inqilabında o inqilab Qəşqayilər edədilər. Əsl şəhəri Qəşqayilər edəcəkdirlər. Yəni, bu günlərdə o Şirazda istəyə bir hərəkət olan Qəşqaylərin tərəfindən gözlənilir. Yəni, Şirazın kontrolunu Qəşqaylar əlbərinə almışdılar. Bəli. 56-57-də ki, inqilab oldu. Onda Qəşqayilər Şirazda müsəlləh idilər. Kollə o şeylər Qəşqayilər. Müsəlləh, bəli. Baxın, bizim düşüncəmizdə Tehranla... Qoyun sorumu soruşum. Sorun budur. Mən indi bilirəm ki, siz Tehranda iki sistem düşünürsünüz da, yəni iki dilli bir sistem düşünürsünüz. Bunu bir balaca tozih verin ki, dostlarımızın biri də soruşmuşdu ki, Tehranda sizin düşüncəniz Tehranda nədir? Ona görə bunu soruşuram ki, buradan oturub indi baxırsınız Tehrana, Tehranın gələcəyini necə görürsünüz? Baxın, Tehranda əlbəttə bizim hərəkatımız Azərbaycanla Tehran türklərin güclənməsi bir-birinə çox geniş vasitədə etki altına olacaqlar. Yəni alarlar. Çox. Yəni Azərbaycan gücləndikcə türklər qurur. Yəni bilirsən də bizim İranda türklərin asimilasyon qururunu öldürüb da. Qururunu öldürüb ki, yəni bu ölümcül hala düşür.
qürur qeyddıqca ona meydana, yəni həyəcan və meydana çıxar. Bu Azərbaycanda güc əldə olduqca Tehran şəhər türklərində həyəcan və qürur gerilir, meydana çıxmaq şəraiti və əks də. Yəni buradan da ora dəstək. Amma Azərbaycan o bəllidir, bir əyalətdə orada bir hakimiyyət istər-istəməz qurulacaqdır, o bəllidir. Onun motor hərəkəti türk hərəkətidir. Amma onu danışmışıq. Amma Tehrana gəldiyimizdə, baxın, Tehran həqiqətdə məsələn farslar, türklərin bir arada olmaları, bunların da dinləri də bir deyil. Yəni daha çox evliliklər də idi. Sən Tehranda hər ailəyə girirsən, yarısı türk, yarısı fars. Çox yəni qarışıq. Çünki dində də belə şiəydilər, heç bir məzuriyyət evlənməkdə səbəb yoxdur. Çox qarışıqdılar. Ona görə orada bir özəl siyasəti meydana qoymalıyıq. Yəni, ora Azərbaycandır deyə farslarda reaksiya yox, ailələrin içinə girsin, reaksiya gəlsin filan. Bir siyasət götürməliyik ki, reaksiyaya səbəb olmasın. Bəlkə haqq əldə olmağa səbəb olsun. Ona görə bugün İranda, yəni İran gələcək, İranda federal əyalətlər olacaq da, bölgələr. Məsələn, bugün bəllidir, Azərbaycan, Bəlücistan. İranda sistem ucuzsudur ki, lazım deyil biz bu günləri, hətta bu federal deyəndə bəziləri deyir ki, milli federal quraq. Milli federal, yəni dilimizin əsasında federal qursun. Ehtiyac yoxdur bu deyilsin. İstər-istəməz bir olacaqdır. Bəlücistanda istər-istəməz əksəriyyət mütləq Bəlüclarla da, Azərbaycanda əksəriyyət mütləq türklərlə də, Kürdistanda əksəriyyət mütləq türklərlə. Orada elə o dil rəsmiyyəti olacaq. Demək lazım deyil. Həssasiyyət törətmək lazım deyil. İranın yapısı budur. Amma Tehrana gəldiyimizdə bir əyalət olacaq da, Tehranda 15-16 milyon cəmiyyətdir. Hansı əyalətin İranda 15 milyon cəmiyyət var? Heç bir əyalətdə 15 milyon cəmiyyət yoxdur. Məsələn, baxanda cəmiyyətdən 5 milyon, 6 milyon, 7 milyon məsələn nəhayət cəmiyyət var əyalətlərdə. Amma 15 milyon cəmiyyət var. Ona görə Tehran istər-istəməz idari sistemdə özünə bir sistemi idarə, yəni idarə sistemi lazımdır olsun. Çünki heç yerə qarşı 15 milyon hər yer getsən oranın 2 bərabərdir. Azərbaycan bu günlər cəmiyyəti nədə cəmiyyət var? Azərbaycan kollunda bu neçə ustana bölünür falan, hamısı 10 milyon cəmiyyət var. Orada 15 milyon cəmiyyət var. Yəni ona görə ora reaksiya yaranmasın, bu ailəvi əlaqələr bir-birinə dəyməsin və gözəlcə iş yerinə düşsün deyə elə o əyalət Tehran özü bir ustan kimindir da. Ora elə bir əyalət kimin adını ustan qoy, hər nəmənə qoydu, adlarına qoydu, amma bir idarə olsun. Amma orada yalnız fars deyil, 2 dilli bir yəni əyalət sistemi orada qurulmağı lazımdır. Biz onun tərəfdarıyıq. Sonra da seçim olacaq. Oranın məclisi, Tehranın özünə aid məclis olacaq. Tehranın özünə aid bir necə əyalətlərin vardı, Tehrana da aid uzun bir şey olacaq. Yəni müştərək bir dövlət. Həm türklər, həm filan. Yəni o vasitə ilə biz Tehranda da həm xalqımıza haqq qazanmışıq, həm bir xəsmanə bir durumda olmamışıq. Eyni halda bu xəsman, məncə bu əlaqə, bu düzgün bir münasibət Tehranda eləyə bilər, ümumiyyətdə Tehranın Azərbaycana dəstəyi gəlsin. Yəni Tehran ümumiyyətdə dəstək olsun Azərbaycana. Əgərsə biz türk xalqının haqlarını Tehran kərəzdə eləyə bilər, əldə edək. Bu sistemi məncə elə Tehran əyalətində 2 dilli bir sistem qurulmağa tərəfdarıyıq. O qədər. Necə ki, hər bir federal dövlət orada da otur olsun. Ondan sonra da bizim kantonlarımız var da ki, onlar da balaca özlərini idarə eləmə haqları vardır. Amma bir söz deyim, türklərin azınlıq formada yaşamaları da var. Çünki biz onlara danışığımıza danışmırıq. Amma bu azınlıq mümkündür milyonlar insana təşkil edir. Məsələn, bu Şirmandır, bu Yazdır, bu İsfahandır, bu Şirazdır, bu Məşəddir, bu Bəndər-Əbbasdır, bu Bəlücistandır, bunlar da ya Kürdistandır. Türklər şəhərlərin içində, cəmiyyətin içində yaşayırlar. Yəni kompakt yaşamırlar. Kompakt yaşadığı belə dedik. O cəmiyyət özü çox mühüm cəmiyyətdir. Sabahlar Cumhurbaşqanlığı seçimində, məclis seçimlərində filanlara, bizim nümayəndələrimizə, seçdiyimiz nümayəndələrə, mərkəzi məclis dövlətinə onların rəy verməlidir. Bax, bu gün nə İran İslam Cumhuriyyətinin məclisində ki, İslamiyyətdən ötürürəm, Xümeynidə ötürü gedib ora, bu günləri o mənatiqi türkün işinin düzəldiyi fraksiyonu 31% məclisin bu günlərin nümayəndəsi oldu. Yəni o təsadüfi da təsadüfi. Halbuki bizim xalqımız oyanış məsələsi də mümkün deyil. Həqiqətən biz 35-dən 40%-ə məclisdə nümayəndəmiz olsun. Yəni əgər biz o qədər nümayəndə biz məclisi müəssisəsində əldə edə bilək, onun yanında başqa xalqların nümayəndə edəcəklər, yəni biz mütləq əksəriyyəti gələcək məclisdə əldə edə bilər. İnancımız yerə ola ki, biz bu xalqı cəlb edə bilərik ya cəlb edə bilmərik. Cəlb edə bilməsə fəlakət, cəlb edə bilsə elə bir potansiyel var. Doğru. İndi fars dilinə necə baxırsınız? Fars dili necə bir dil görürsünüz? Fars
Ya nədir Fars dili də, baxın, fars dili də başqa dillər kimi gözəl dillərin biridir. Bu qədər. Nədir yəni? Necə yəni? Dilə, yəni dil bəşəriyyətin tarixindən miras qalmış, bəşəriyyət tarixinin mirasının çox önəmli və möcüzəvi faktorlarından biri dil. Mən şəxsən tarixdə bir möcüzə olub deyə düşünürəm. Bir möcüzə. İkinci möcüzə olmayıb. Bu peyğəmbərlər neyiniyiblər, mən bilmirəm addan qopulub, işlərini möcüzə qopulub, mən tanımıram, mən bilmirəm olay nədir. Amma mən bir möcüzə tarixdə tanıyıram. O da dilin ürətimi və dilin meydana gəlməsidir. Dil harada düzəlibdir? Tarixin, qaranlıq tarixin, bəlkə... Onu bilirim. Fars dilinə baxanda, yəni indi yox, qoyun bunu deyim, bu gözəldir. Onu səhvdən bilirik da, dil nədir gəlibdir, çox da mühümdür. Amma indi oradan oturmuşuz, İrana baxanda Fars dilini görürsünüz. O Fars dilini necə görürsünüz? Qoymadınız mən möcüzəni işlətdən cümlədə deyim, bu çox gözəldir. Tamam, bizim dilin əhəmiyyəti üçün gözəldir. Buyurun. Bax, tarixin qaranlıqlarında bizim ata-babalarımız, hər kəs bu dillərin. Ata-babalarımız oturublar özlərinə bir əlaqə, sosial əlaqədə öyrətdi, bir dil düzəldi. Adı sonra dil olub da bunun. Əvvəl nəzirdən dil olub axırda adı. Bu dillər 100 min illər keçəndən sonra, biz bilmiyorlar kim, ha zaman, nə zaman, harada, necə düzəl. 100 min illər keçəndən sonra otururlar onu yazmaqda, görürlər bunlar hamısı qanunməndidir, nəzm üstündədir. Qrammatiki var, hesab kitabı var, bunun vokalları belədir. Türk dilinin yapısı əla, yəni inkişaf üçün əla bir yapısı var Türk dilinin. Bu nə demək, yəni qeyri tarixdə, tarixin qaranlıq yerlərində bir tədad insanlar dil düzəldir ki, nə bilimdən, nə elmidən, heç zat bilmirdilər, amma bir dil düzəldə büyün baxılış görür ki, tamamən qanunmən və möcüzəvi qanunmən dillərdirlər. Bunun adı möcüzədir. İndi başqaları nə möcüzələr, mən bilmirəm, mən bu möcüzədən sonra heç bir möcüzə tanımıram. İndi bugün sualınızı verin. Ona görə fars dili də başqa dillər kimi heç fərq etməz. İndi biz o cür desək, oturaq o Afrikanın dilləri haqqında danışaq ki, məsələn, balaca dillərdir falan. Məncə, tarixi mənəvi irsləridir dillər. Hamısı və onların hamısı elə baxmalıyıq. İndi biz İranda hər halda bizim siyasi bir partiyasız da, yəni şey deyirsiniz ki, parti olarak baxanda fars dilinə deyirsiniz, bu fars dili ilə Türk dilinin ilgisində nə cür düşünürsünüz bu fars dilini? Hə, məsələn, o cəhətdən. Fars dilini, siz mənə çəksiniz pis yollara. Çəkiləcəksiniz. Adamın pis dostu olanda pis yollara düşərsiniz, otur. Yavaş-yavaş o yoldaşa çevirirsiniz. Yəni, mənim dilimdən çəkməlisiniz. Bu sözləri biz danışmışıq çoxdan belə, bu ayın tazı sözlər dəli olar. Amma indi yəni olğun günlərdə, təcrübə aldıq günlərdə çalışır ki, daha çox diplomasi çərçivəsində danışım. Çox önəmlidir. Yəni, dilin ağır, diplomatik ağırlığı, ədəbiyyatın ağırlığı. Ona görə biraz çox ehtiyatlı olmalıyıq məsələdə. Hər halda, bu gün, yəni, bilirəm siz nə istəyirsiniz, ona görə sizin cavabınızı verirəm. Yoxsa ayrı yer olsaydı bu sözü deməzdim. Amma sizə istəmirəm sizi, qırım. Sağ olun. Fars dili bizim keçən 100 ildə dillərə qarşı bir əbzar kimi, bir vasitə kimi istifadə olub. Yəni, dillərin yerinə oturdublar. Bu fars dilinin günahı deyil. Fars dilindən kullananlar, istifadə edənlərin günahıdır. Fars dilini İranda nə bir vasitə dil kimi ki, deyək, tamam, bir dili qoyurda başqalarından üstün. Bəlkə dillərin yerinə oturmuş durumdadır. Yəni, başqa dillər məhv, bir dil istifadə edəcək. Və bu siyasət xalqların ciddicə asimil olmasına, dillərinin təhqir, özlərinin təhqir olmasına, dillərinin məhv olmasına filan səbəb olubdur. Bir vasitə kimi istifadə olub. O açıdan dərvaqa biz onu siyasət görürük. Siyasət yanlışdır. Fars dili deyir. Siyasət yanlışdır. Və o dildən ötürülü istifadə olub. Çünki biz istirik onu eşit dil. Bizim bir dənə şeyimiz var, sənədimiz var. Demokratik dil siyasətimiz bizim. Demokratik dil siyasətimiz. Demokratik dil siyasətimizdə deyir ki, İranda monopoli dili, yəni İranın mərkəzi dövlətində monopoli dili qırmaq lazım, sındırmaq lazım. O üçün monopol qalırsa, antidemokratik dil siyasəti keçən yüzlərdə o yerində qalacaqdır. Ona görə
monopoli dili götürməlidir. Mərkəzi dövlətin ən azı, bizim proqramımızdadır, mərkəzi dövlətin ən azı 2 dil rəsmi dil olmağı lazımdır. O da istər-istəməz türk dili və fars dili olmağı lazımdır. Başqa dillərin də haqqı var, mərkəzi dövlətin dili olsun. Amma onlar, hər bir millətin haqqı var ki, öz dilinin, mərkəzi dilin rəsmi olmaq üçün layihə gətirsin, məclisdə təsvib olsa 3-cü dil olsun. Amma məclisdə 2 dilin rəsmi olmasına məclisdə təsvib lazım deyil. Gərəklidir ki, mərkəzi dövlətin ən azı 2 dil olsun. O 2 dil də istər-istəməz. Cavab Şamilinin bu fərmayişin, siyasi fərmayişini biraz sadələdi. O güclü dilcə hakim dil hesab olur, onu gərək sındıraq və ta eləyə bilək onun altından o birisi dillər, o birisi millətlərdə çıxa bilsin, çiçəkləyə bilsin. Cavab Şamil belə idi. Yox, elə deyir. Nədirdir? Biz istəyirik ki, öyle dedim də, burada indi gəldik, yetişdik o demokratik, yəni dilə, ədəbiyyat, diplomasi dilə. Orada söz budur. Biz istəyirik ki, dillərin haqqı bərabər bölünsün deyə bu siyasəti götürmüşük. Monopol dilin hegemonunu sındırmaq nə deməkdir? Yəni dedim də, sizin diliniz dedik nasyonalisti dildir, mənim dilim demokratik dildir. Yəni birinə deyirsən ki, oti, birinə deyirsən əyləş. Birinə deyirsən otur, birinə deyirsən əyləş. Mən cənabınıza ərz eləsəm, siz mühafizəkarsınız. O nə olar məsələ? Niyə gərək bu dildən? Gözəl söz deyirsən, onun adı mühafizəkarlıq deyil, onun adı modern diplomasının dilidir adı. Yox. Ki, hər kəs rayət eləmək lazım. Sözləri, mənim müxatəblərim məsələn, birini incitmədən, birinin ürəyinə dəymədən, birində reaksiya icad etmədən eşit haqlarının haqqında danışır. Elə ki, mən cənabınıza ərəbcə söz deyirəm, söyüş verirəm. Siz deyirsiniz ki, Quran oxuyur bu. Yox, o deyir ki, siz İngilizcə deyir ki, monopolun yıxmaq üçün, onun monopolu, hegemonisini yıxmaq üçün gərək bunu belə deyək. Tamam, həmanın sözü Türkçəsi. Yıxmaq sözü deyil, monopolu aradan öparmaq üçün dedik. Yıxmaq sözü, sındırmaq, baxın, yıxmaq sözü, sındırmaq sözü, qırmaq sözü, bunların hamısı siz işlətdiniz. Mən dedim, bərabər eşit haqları üçün bu iş görmək lazımdır. O kəlmələrdən, yəni o sözlərdən, o ədəbiyyatdan, o ədəbiyyat hələ biraz gülürük, amma həqiqət budur ki, ədəbiyyat birin qaçırdar, birin özünə tərəf seçər. Bunu inanırsınız buna. Siz birinə desəz otur, birinə desəz əyləş. Fərqi yoxdur. Fərqi var, amma İngiliscə desəz sit down, o birisine de desen ki idlis, o birisine de desen otur, heç birisini başlatmayacaq ki ne dediniz. Çünkü üçünden de o mesela ne anlayacaq, mesela o ayrı bir dil. Siz monopol deyəndə, hegemoni deyəndə insan başlamır ne deyirsiniz? Yox, Edər bəy, söz apardınız biraz dolandırdınız. Mən çox ocusu dua edərəm o piçidə şey. Baxın, mən sizdən bir sual soruşuram. Yumuşaq dil təsir edicidir, ya kəskin? Mən mütməyinnəm ki, siz yumuşaq dil tərəfdarısınız. Amma sizin ideolojiniz bəzən izni vermir ona. Şəxsən, şəxsiyyətiz yumuşaqdır, şəxsiyyətiniz ocusudur. İdeolojiniz, sizin ideolojiniz... Yox, baxın, şəxsiyyəti mənim tanıdığıma görə siz yumuşaq bir insansınız. Çox mühüm şeydir bu. Amma diliz ideolojik dil olur. Yəni, o bir, yəni, sındır, kəs, az, düşmənləri neyniyək, nə cür öldürəcək, 50 milyon ölsün, filan. Anlata bilirəm nə demək istəyirəm? Anlata bilirəm nə demək istəyirəm? Bəli, kamilən anlayıram. Yəni, demədim ki, yox. Amma mən dedim ki, o politik dil işlədirdiniz, onu mən tərcümə edirdim, sadəcə. Sizin tərcümənizdir, mənim yox. Ərz elədim ki, mən tərcümə elədim daha onu. Yəni, onu, tamam. Baxın, Hidayət bəy, saat 20:19'dur. Saata baxmayın, sizi saxlayacağım bu günləri yat belə 4 saatı dolduracaq. Yəni, əsl saatda baxmayın. Mənə oradan baxırsınız saata görürəm, stres gətirirsiniz, mənə gətirməyin, baxmayın saata. Ərz edeyim ki, Fars dili Türklərin ya da Azərbaycanlı gələcəyində nə yeri ola bilər sizin bir dəfə dediyin sualı? Fars dilinin
Azərbaycanın və türklərin gələcəyində hangi yeri ola bilər sizcə? Gələcəkdə. Fars dilinin gələcəkdə Azərbaycanda nə yeri ola bilər? Türklərin içində ya Azərbaycanda? Türklərin içində. Baxın, bir zaman mən Quebecdə gedən hadisələri araşdırmışdım. Sonra bir dana, fevralın 21'inde bir seminer koymuştular. Mənə də danışmaq orada fürsət vermişdilər. Orada Quebecdə dil siyasətini ələ almışdım. Və demişdim ki, Quebecdə devlət kurulanda bir devr İngilisi dilini, çünkü Fransa dili məhv olmaq halındaydı da, yəni öyrənmədi. Bir devri İngiliz dilini ta Fransa dili yerine düşmüş. Harici dilləri ki, qədərləmişdilər, başqa dillər. İngiliz dilində bir uzun zaman qədərləmişdilər ki, istifadəsini ki, ədəbiyyat, Fransa ədəbiyyat yerine düşsün. Ondan sonra bir sıradan sonra yavaş-yavaş başqa dillərin istifadəsini azad elədilər. Devlət, yəni Quebec devləti azad elədi ki, tamam, indən sonra eləyə bilər, dillər hamısı şey olsun. Mən bu siyasəti ələ almışdım orada. Elə mən hər zaman kimi federalistdim orada da. Sonra bizim bu çox aşırı ad çəkməyəcəm, sizin qorxunuzdan ad çəkməyəcəm. Mənə orada salonda dedi ki, elə əxirən bəhsimiz olub bu dostumuzla. Mənə çağırdı, dedi ki, filanı, sən bizdən də radikal oldun. Belə başın tərbədə. Bizdən də radikal oldun. Dedim, yerəcəksə, bəli, sizdən də radikalam. Mən elə həmişə dedim, sizdən radikalam. Sizin xəbəriniz yoxdur bəkət. Xülasə, indi də qəziyyə budur. Biz Azərbaycanda türk dilinin yerinə düşməsinə indidən lazım deyək, danışaq. Amma məncə özəl bir siyasət götürməliyik. Türk dili topluma yayılmasına qədər. Yəni, Fars dilinin ki, indi 100 ildir burada öyrənib bu insanlar toplumda, türk dilinin məqamını, yerini yayılmasına özəl siyasət lazımdır bir devri. Ki yerin alsın, filan olsun, anlaşandan sonra ondan sonra başqa dillərin öyrətimi filanı zərurət əsasında, qanun əsasında heç müşkil deyil. Yəni bu məsələni, dil məsələsinin siyasətini mərkəzi dövlət təyin eləməz federal dövlətdə. Bəlkə yerel dövlət dil siyasətini götürər. Ona görə yerel dövlət siyasət götürəndə dil dilinə, türk dilinə müəyyən bir zaman içində özəl bir yapısı, özəl bir siyasət olmağı lazımdır ki, dil yerini alsın, ondan sonra başqa dillərin öyrətimi başlansın. Siz buna işarə ediniz, mən də bir işarə edeyim Quebecə. Quebecdə əgər məsələn, mən buradan köçsəm, İngilisli dilli dövlətdir, buradan köçsəm Quebecə ki, məsələn, məndən 5 saat yarım o yüzlükdadır, maşınla geçsəm, mənə orada izafi imkanlar verir ki, Fransa dili öyrəşəm. Yəni, məsələn, məzərət istəyirəm, məsələn, bir nəfər bura gələm. Əsən, Quebec xaricdən çox xaricəli götürür və orada çox imkan verir, uzun imkanlar, çoxlu mali imkanlar verir ki, siz Fransa dili öyrəşəsiniz. Bunu istədim. Əlbəttə, o güzəldir. Yəni, təbiidir ki, hər kim indi də Azərbaycanın rəsmi dili türkçə olacaqdır və o türkçənin güclənməsi üçün lazımi siyasətlər, o zaman dövlətimiz umuram ki, bizim kimi düşünsün və gözəl siyasətlər götürsün. Onda biz yoxuq ki. Tamam, inşallah olarsınız, inşallah olar hamımız. Olsaq nə güzel olar. Ən azı bir müşavir rol oynarıq orada. Niyə ki olmasın, inşallah olar. O günləri görər vətəndə. İran və Farsların siyasi gələcəyi necə görürsünüz? Belə soruşum. Acaba İran dağılacaqdı, yoxsa qalacaqdı? Əsla heç bir nişanı göstərmir ki, İranın dağılmasına hətta belə bir zərrə də nişan görsənmir. Hətta mən deyərəm ki, mənim sözümü ciddi alın. İranda nasyonalizm elə güclüdür ki, hətta bizim millətimizin yanında, mərkəz nasyonalizmi elə güclüdür ki, mümkündür biz haqq əldə edə bilməyək. Mümkündür. Elə güclüdür. Əgərsə elə güclüdürsə, niyə aradan geçsin də qrup dövlətində
Nümunəsi də ən son hərəkətdə Berlində 100 min insanın meydana çıxmasında gördük ki, 100 min insanın hangisi nə qədər qeyri-fars və nə qədər fars, yəni mərkəzin güclü bir dövlətin bu. Əsasən bu hərəkətdə, bu son hərəkətdə fars millətinin oluşumu oldu bu qadın yaşam hərəkatında. Yəni indiyəcən 58-ci ilin yadda üçün İslamiyyət filan vardı. Bu milli nasyonalizm, fars nasyonalizm meydana gələ bilmədi. Amma indi hətta inqilab olmadan belə bu hərəkətdə bu Berlinin 100 min təzahüratında çox böyük göstəriydi və hətta məndən soruşsan biraz da təhlükəli göstəriydi. Bizə uyarı verirdi ki, yəni huşsuzluğun başında dəqiq hesablar gedin. İran farsların ekonomisel gələcəyi necə görürsünüz? İran kimi ölkələr ekonomi cəhətindən yarım gəlişmə halındadılar da hər halda. Yəni İran demokratikləşirsə böyük bir imkan vardı ki, ekonomi cəhətdən çox sarsılmasın, devam edə bilsin həyatına. Amma İran yenə bir diktatorluğa keçirsə və düzgün müdiriyyət məsələlərdə olmasa ki, təbiətən bir diktator da ölkədə ola bilməz. Yalnız diktator deyil İranda da, xalqlara qarşı daxili isteği var. Yəni əsasən problem budur İranda. İran dövlətinin büdcəsi bölünür fars bölümlərinə. Qeyri-fars bölümlərə imkan verilmir. Yəni bu əsasən bir ölkənin sarsılmasının başlanğıcıdır. İran demokratik olursa ki, federal olmaq vasitəsilə mümkün deyil. Onda büdcə paralel, yəni rüştə. Niyə? Yəni indi Bəluçistanın nümayəndəsi yoxdur. Mərkəzi dövlətin xırxırasından yapışsın ki, büdcədən bizim səhəmimizi neynəmişsiniz. Amma federal dövlətdə Bəluçistanın rəsmi dövlətin nümayəndəsi o kesin xırxırama. Eləyə bilməzlər başqa bir şey. Məcburdular, yəni paralel büdcənin bölünməsində. Çünki dövlət var bu əyalətlərdə və istəyəcək. Ona görə federalizm İranda qurulsa, İranın iqtisadi yaşamının vəziyyətinin daha xoş olması gözə çarpır. Amma onu bilmemiz lazım. Farsları soruşuram. Məsələn, əgər farslar bu şeyin içində, bu cərəyan içində fars kəsimi iqtisadi cəhətdən ən güclü bölümüdür. İran siyasətinin iqtisadiyyatında fars bölümü ən güclü bölümü. Əgər federal sistemə baxsaq, mən Kanadanı genə misal vururam. Kanadada məsələn Quebekin nəfti var. O birisi 11 eyalətin nəfti yoxdur. Qazı yoxdur. Yəni bunlar yoxdur da. 11 dənə adam. Məsələn, istəyir ki göndərə bu Quebek ortadadır. Üzrsə Quebeklidir. Alberta. Albertanın nəfti var, o birisilərin yoxudur. İndi Alberta istəyir ki nəftin göndərsin. Ya gərək göndərəcə də o qutbudan gedə. Yəni o buzluqlardan. Ya gərək göndərə Amerika, Cənubi Amerikaya gedə, Amerikanın cənubuna gedə, güneyinə. Ya da gərək göndərə bu başdan ya şərqidə okyanusa, ya qərbidə okyanusa. Yəni yolu yoxdur, sürü ortadadır. Və neçə min kilometrdir. Neçə min kilometr gərək lülə çəkir. İndi o əyalət deyir ki, mənim istəyirsən gələsən torpağımdan lülə aparasan, məsələn, %1 belə pul satışından istəyirəm. İndi mən əcəb 15 ildir bunun bəhsi var. O 15 ildir olmuşsa 12 ildir bəhsi var. Nə bu çəkə bilibdir, nə də o qoyubdur. Deyir ki, mən bir belə istəyirəm. Verirsən, verirsən, vermə. Kredi ilə daşıdır Amerikaya. Amerikadan aparırlar. Məsələn, bu işi görürlər. İndi, məsələn, əgər farsların, ərəblər sizin bölgədə nəfti idarə edirlər. Azərbaycan öz mədənləri, Bəluçistan öz mədənləri, Türkiyə, hər kəsin öz yerin idarə edir, suyun da idarə edir, hər şeyin idarə edir. Əcəba, burada farsların, məsələn, amar verirsəm xidmətinizə, məsələn, İsfahanda Kulli, Asiyayı Cənub Şərqi, Çində onun içində olaraq, Japon, Çin, Kore və Singapur, bunların hamısından çox orada bir şey var. Motosiklet karxanası var, Ulat karxanası var, nə bilim, Fulan karxanası var. Amma bunların hamısı çünki özdə su işlədəndiyi, məsələn, hər 1 kilo dəmirə, məsələn, 4 ton su işləndir, məsələn. Deyir ki, bu gərək oradan gələ, yəni ərəblərdən, bəxtiyarilərdən, lorlardan gərək gələ bura, su. İndi bunu nəft oradan gərək gələ, qaz oradan gələ, filan. İndi, əgər bu alınsa, yəni federal şəkildə ərəblər gələ biz vermirik. Ya da satırıq. Necə məsələn, satırıq Çinə, ya Amerikaya, ya hər yerə satırıq, Japona satırıq. Elə həman qiymətə də mən Tehran, sən Fars sənə satıram.
Onda nədir görürsün? Yəni, mən istəyirəm o bir suma verəsiniz ki, o vəziyyətdə ki, İran federal olsa və hər kəsə öz mənabeyin kontrol eləsə və o birisi federal üzvə satsa beynəlmiləl qiymətə, siz onda nədir görürsünüz İran vəziyyəti? Bir dəfə Lenin Sovyet Birliyində bir qanun çıxartmış, bir idəsi vardı da ki, dövlətlər hamısı ayrıla bilərlər. Yəni 5-15 dövlət nə zaman istəsə ayrıla bilər Sovyet Birliyinə də. Dövlət gəlib yapışıb da Azərbaycandan sonra. Azərbaycan ayrılanmaz. Niyə? O %90 nəfti təmin edirdi. Siz bu şeyi saxlayın orada. Yəni milli Sovyet Birliyinin ya deyək Rusiyanın dərvaqa milli mənafeydi o. Mənfəət məsələdir. O çox ciddi məsələdir. İndi gələk İrana biraz. Yəni bu təcrübə üçün sizə dedim ki, yəni ora düşünün ki, o mövzular. İndi əgər sən mənim o sözüm ki, dedim nə qədər düzdür da, indi biz onu bilmirik, amma görüntü belədir ki, yəni nasyonalistli partiyalar, mərkəz nasyonalist partiyalar çox güclü. Yəni, bilmirik hansısı çox rəy gətirəcək, amma onlar çox rəy gətirəcəklər deyək. Belə görsənir indi. Mən gəlin ki, bizim, yəni daliyə qalan hamıdan daliyə qalan bizik, ha? Türkçülərdir hamıdan daliyə qalan. Yine başqa bölgələr, qeyri-fars bölgələr bəziləri yaxşıdır. Bəziləri məsələn dinləri, məsələn sünnidirlə filan da mərkəzlə qarışmazlar. Amma bizim vəziyyətimiz, ərəblərin də vəziyyəti xoş deyil, onu da deyə bilərəm. Amma ərəblərdə şiədirlər, bilirsən də, yəni İran ərəbləri və daha çox asimilə olmağa kapasiteti çoxdur orada. Yəni, ondan sonra budur söz budur. Biz gedirik o məclisə də, bunu anayasa təyin edəcək ki, məmləkətdə olan yeraltı qaynaqlar, yerüstü qaynaqlar necə istifadə olunmalıdır? Bunu kim təyin edəcək? Bunu anayasa təyin edəcək. Anayasa kim yazacaq? Anayasanın məclisində oturanları. Ona görə biz o anayasa məclisində anayasanın yazmalarından qaçmalıyıq. Hamımız ora getməliyik. Orada güclü olmalıyıq. Əgər o məclisdə, müəssis məclislərdə güclü ola bilməsə, yazıq olarıq. İndi orada anayasanı yazanda baxasınız ki, nə yazırlar? Mesela ümumiyyətdə qaynaqlar, yəni yeraltı qaynaqlarını müştərək bir şey tanıyırlar. Mesela deyirlər ki, mesela bu qaynaq əgərsə Azərbaycandadırsa, mesela bu şeyin qaynağın 30%, məsələn %30'un götürsün, Azərbaycan qalanı versin mərkəzi dövlətin büdcəsinə. Yerel qaynaqların özünə bir aid bir şey verərlər. Amma bak filan, məsələn deyirəm bu qanun. İndi qalıb orada nə qanun istif yazılsın? Orada biz güclü olursa federalınız onda şey olur, onda sizin federalınız onda olur şey daha Fars federalı, yani federal olmadı çünkü. Merkez federal olur. Yok. Dikkat edin. Bakın biz onu təyinləmirik. Dedim də, mən sizə dedim, çox mühümdür. O anayasa həyati rol oynayır. Həyati. İndi mümkündür bir deyə, boş verirlər, nə edilərsin, biz gedər öz yolumuza filan. Sən gedərsən öz yoluna 5 gün, 3 gün, 5-6 ay, 1 il. Ondan sonra ordu ilə gəlirlər xidmət və qeytərərlər. O cür olur. Ona görə düzgün düşünmək lazımdır. Bizim bir fürsətimiz var düşünməyə. Bir fürsətimiz var ki, onu istidir. Ona görə məncə istərəm ki, gedək bax, dünyada siyasətçilər var da, çox təcrübəli adamlar var, çox. Gedəsən onlara dəvət edək konferanslarımıza. Qardaş, burada bu mövzunu danış bizə. Biz bunlardan istifadə edək. Bizdə təcrübə azdır. Biz təcrübələrdən istifadə etmemiz lazımdır. Ona görə o anayasanın orada yazılması məclisin yapısına bağlıdır. Yəni, müəssis məclislərin yapısı necədir, bizim durumumuz orada necədir? Zəifik, qəviyik, ortayıq, filanı, beman. Baxın, indi bu fərz sizin federalizminizi əslən qeyri-qabil qəbul edər. Yəni, əgər gələ ola elə bir federal ola ki, büdcəni nəfti sata %30'un verər ora, mərkəzə. Niyə gedər, məsələn, federal ola? Dikkat elə, bax bir. Niyə getməniz adı? Baxın, siz soruşun niyə gedə? Nə deyirəm mən? Mən deyirəm ki, o məclisdə bizim zəif. Yəni, gücün yoxdur da. Yəni, biz orada məclisdə azıq, yəni gücümüz yoxdur da. Olan gücü çoxdur. Federal olmaz ki, onda federal onda elə bir da. Mənə qulaq as. Mən sizə əvvəldə dedim ki, federal dediyində onun qalıbdır. Necə yapılır da federal? Yəni federal, yəni elə adı federal gəldi hər zaman düzəlməz ki, onun yapısı mühümdür federalın yapısı. O federalın yapısına hansı güc, nə qədər güclə gedirsən. Söhbət eləmədik mi? Sənin gücün olmasa nə verirlər sənə? Biz Təbrizdə deyirlər,
bir bal soğuz verərlər sənə. Yox, verməm. Pulun olmasa. Ya tamam da. Yəni biz bunu əsas tutmalıyıq. Orada da məclisdə də güc təyin edəcək. Ya, kimlər çoxdular, ədəd çoxda bir mütləq çoxunluq var. Sən istədiyinə çatarsan. Nisbi çoxunluq var, nisbi istədiyinə çatarsan. Sən deyəsən ki, sən deyəsən niyə? Deyəsən niyə yoxdur? Bu qədər gücüm var qardaşlar. Bir bağın pulunu vermirsən, bir bağ alarsan. Finans TV'də mən bir sual soruşardım qonaqlardan normalda. Sonra da bunu şeydə qoydum. Yəni Facebook'da da qoyurdum. Deyirəm ki, bir an dəlil gətirin ki, Əl-Əhvaz ayrılsa, Azərbaycan ayrılsa İrandan zərər edəcək. İndi bu fərzinlə ki, əlon məsələn bir an federal gələ. O federalda yenə də büdcələr gedə mərkəzə. Mərkəz istəsə neynəsə sən o sualı verirsən ki, ayrılsa mənfəəti nədir? Onun sualın cevabı sənə birinin əqli olsa, təcrübə siyasi olsa deyəcək ki, ayrıla bilər, ayrılsın qardaş. Ayrıla bilər də, onda mən də deyirəm ayrılar məsələn. Sən deyirsən də ayrılar. Sən ona inanırsan, amma zəmində qüvvən çox olsa, tabi da məclisdə göstərərsən də, gücün olsa məclisdə göstərərsən də, içəriyyətdirsən. O bəhsi dünən eləmişim. Yəni o qədər yox, sən gücün nədir göstərərsən? Deyirsən məclis... Bir dəqiqə, yox, bu o qədər aydınlaşmalıdır ki bizə. Deyirsən Əhvazda seçimlərə, Əhvaz nümayəndələrini göndərir. Nə qədər nümayəndəsi Əhvaz tərəfdarıdır, nə qədər nümayəndəsi mərkəz tərəfdarıdır. Onu kim təyin edir? Xalq təyin edir. Xalq seçəcək də nümayəndələr. Ona görə o lazımdır. Yəni biz, sənlə mən təyin eləmirik. O rəylər, o səslər gücünlə gəlsə məclisə, bizimki güclü, yəni o tamam istədiklə adamlarımızın rəyi, məsələn 40% nümayəndəmiz olsa, həqiqətən türklərin 40% məclisdə nümayəndəsi olsa, oradan da kütlər, bəlutslar gəlsələr, problem var, əksəriyyəti mütləqəldir da. Cənab Şamili, sən deyirsən ki, bizə istiqlal ala bilərik. Amma nə cür istiqlal ala bilərsən ki, 40% məclisi gətirəmsən, məclisi müəssisə ki, orada qanunu sənin istədiyin kimi yazsın. İstiqlal əsən məclis müəssisəsinə ki, o istiqlalı demirəm. İstiqlalı ki, o mümkün deyil, o demirəm. Yəni, məclisdə ki, çox imkanın var da, özündə əysən fəqət. Türklər də tamamı bəşəriyyət İranı tökə bilərsin. Onu mən sizə bütün açıqlayayım da. Bizim bir dana təcrübə var tarixdə. Mən uşaq idim, amma təcrübələri yadımda saxlamışam. Yəni, mən deyirəm, bəlkə bəzən deyərəm bunu. İnsanlar, deyərəm, nənəmdən düşəndə nə cür düşmüşəm, yadıma gəlir. Amma insanlar inanmazlar. Deyərlər, yadıma gəlməz. Mənim yadıma bir şeylər gəlir. Mənim yadıma gəlir İnqilabda, məclisi müəssisəsində, qanun əsası danışanda, şiələr, çünki molla şiədir başqa dur, baxı. Bizim də milli mənafeyimizi o təmin elər ki, şey yox. Hamısı sakit qalır. Əsli 15 o 15 yazanda bax. Fəqət bəlutsların nümayəndəsi durdu danışdı. Dedi ki, filandı, bəhmandı. Niyə? Çünki o həll olmamışıq içəridə. O bilirdi ki, əqəlliyyətdə də əzəcəklər. Amma biz, ərəblər danışmadılar. Biz danışmadıq. Niyə? Yox, qulaq as. O 15-ci maddənin əslin döktür heyət kil göndəriblər. Bir növrəsin. Onu ola göndəriblər. Çünki varid olmaq lazımdır. Onlar biraz tədil elədilər. Dəyişdilər, o kimi istəyirlər, amma o dil məsələsinin Azərbaycan əncüməni pişnad eləmişdi, gəlsin ora. Amma danışmaqda həqlisən. Orada məclisdə müdafiə edən yox idi. Məclisdə heç kəs əsən istəmirdilər. Yəni, adamlar o qədər axmaqlı idilər, üzr istəyirəm. Çox mənbəşli. 30 idilər. Nümayəndələr göndərmişdi, Xumeyni pərəst idilər. Gidilər. Təbrizdə peymalıq edirdi, əhsli, bizon, batildir, onlar orada təyin edirdilər. Bu qədər belə bizim bədbəxt bir millət olmuşduq. Yəni, sərnəlikimizi vermişdik, yəni inanmışdılar da, bilirsiniz. Onlar ki, əvvələn mollaları göndərmişdik, mollalar da hamısı sistematik bir şeydirlər də, rütbələri var. Üst ərkeş kimidir, mollalıq ərkeş kimidir. Üstdə başda oturur, əşrada fərman aparır. İnan, gülməyin, dəqiqən bu cürdür. Yox, görürəm da, o nizam-ı ayətullahıdır. Bir də ki, pul. Hər kəs pul verirsə, mən də tələb olmuşum, sistemi var idi biraz. Mən özüm tələb olmuşum. Allah Allah. Mən sistemdə, bəli. Mən sistemdə... Qorxutmayın da bizi. Sistemdə, kim məsələn çox pul versəydi, onun çox şagirdi çox olardı. Aylıq alardı
da biz məsələn gedib aylıq alırdıq. Ayda məsələn 60 tümən bu verəcəkdi, 150 tümən o verəcəkdi. Bax 60 tüməndən danışırıq ha, 60 mindən yox. 60 dana tək tümənlik, yəni 600 dana 6000 dana qıranlıq bu verərdi. 150 tümən məsələn lap çox hüququ verən mən bilmirəm aldım Xumeynidən ya yox, amma məsələn Xumeyni verirdi. 150 tümən verirdi. Fiks edirəm. Bilmirəm aldım ya yox, yadıma gəlmir. Səlah dəyərliyəm yox ha. Vaqəən yadıma gəlmiş. Mən Xumeyninin şeyindən aldım səhvliyə ya yox. Çünki mən heç məmulən getməzdim ola. Məsələn mən şeyin ofisinə getmədim. Mələkuti onun nümayəndəsi. Məsələn onun heç vaxt ofisinə getmədim. O zaman onun ofisinə getdim ki, bir dənə tələbəni oğurladılar. Oğurlayanca mən onun getdim orada da ixrac oldu. Yəni davaya getdim. Şikayət elə adamları tutdurduq, saldırdıq, zindana falan. Bulac etməyək bu nəqillərə. İstəyirəm deyəm ki, yəni mən o sistemi biraz bilirəm. Molla sistemi şeydir, ərteş kimi dərəcədir, dərəcə üstündədir və pul üstündədir. Hər kəs çox pul verirsə onun üçün də Hüseyn Musəvi Təbrizi, sonra Dağistan oldu ha. O necə inqilabda 56-da məsciddə danışırdı, zəbt olub qalır da indi. Deyirdi ki, mən almanı yesəm, yarısı qarnıma geçsə, yarısı ağzımda olsa, qusaram qarnındaşını da tökərəm. Əgər şəriət mədarı həzrətləri desə ki, şeydir, haramdır. Amma Eydaş, mənim telefonum bağlanır, mən bu simi taxmasam şey olacaqdır, bağlanacaqdır. Bir dəqiqə mən tez bunu taxım bura, zahirən bəhtim qurtulur. Mən, biraz da mənə rəhmin gəlsin, biraz yığışdıraq. Yığışdırsaq, sabahları axir günümüzdür. Lağəl... Yox, siz fikir etdiniz axir günümüzdür. Bir şeyə çox danışaq. Lazımdır bu söhbətdən danışmağa. Devam edəcəyik. Devam edəcək, amma sabah yoxdur. Məsələn, 1 ay, 2 ay sonra. Bəli, onun üçün 3 ay sonra. Onun üçün bugün biraz başlayaq, heç olmasa biraz... Bu sıxıntıya ki, bu uzunluqda müsahibələr ki, zaparsın, biz 7-8 dəqiqə istirahət edirik. Amma yəni işdən qoymuşsunuz, mən ali iş görəmirəm. Tamam, o cürdür. Qaçaqaz işlər görürəm. Baxın, sizin hələ gecədir. Sizin orada gecələr danışırıq sizinlə. Salih bəy ildırımın saat 11-də başlayırdıq. Saat 4-də qutarırdıq. Yəni, nə sübhisə gedə bilirdi, nə hardan sonra. Yəni, belə bir durum var. Yəni, mən özüm də oturam. Mən ki, burada başlayıram, bir yarımdır. Yəni, bu tür olur. Ərz edim xidmətsə, hər halda o İranın məsələsinin, modlarların məsələsinin fəqət misal budur ki, biz olaraq özümüzü tapışdıra bilmərik. Yəni, yaxşı içərdə nümayəndə göndərəcək, geçsin, neyləsin. Mən bilmirəm, onun nə zəmanəti var ki, orada, məsələn, İran dövləti bu günləri məclisə danışdı, o şey, nə biləydi, Qəşqaylı nümayəndə ha danışdı, dedi ki, mənə 300 milyard, fəqət pişnihad elədilər ki, getginən, televizyonda denən ki, məclis, biz SUV maşını deyirik da, şasi bulənd deyirlər İranda, şasi buləndi almayıbdı nümayəndələr. 300 milyard. Bir dana çox məsələli pul deyil. Nəyə verdi onu? Deyir ki, mənə deyirlər ki, 300 milyard sənə çək veririk, getginən al bunu, getginən radyo, televizyonda müsahibə elə, deyirən ki, nümayəndələr şasi bulənd maşın almayıblər. SUV. SUV-ci maşın. Baxın, çox şeydir. Yəni, adama deyərlər ki, sənə bir 50 milyard verəcək. Səncə burada, məsələn, futbolda bilirik. Traktoru, məsələn, belə edirlər. Traktor termiki var Təbrizdə. Bunu belə edirlər. Deyir, məsələn, bir belə verəcək, sən 10 milyard verirəm, sən uduz. Goler uduzu. Goler uduzu dərsdən çəkilir ki, öldürəm, qoy vursunlar. İfa gedib qırağa. Çünki, məsələn, 2 milyard, 3 milyard alıbdır. Bilin, bu futbol gedək burada. Yəni, Azərbaycan Demokrat Partisinin nümayəndəsi ilə burada 5-ci gündür danışırıq və fəqət bir günümüz qaldı. Yəni, sabahları ən son gündür. Buradan 3 gün milli ərdəmli, yəni ən üstün rütbə nişanı alıblar məndən, bir gün ən ərdəmlini alıblar, biraz aşağı o milli ərdəmlidən və bu gün də milli ərdəmli aldılar. Çox gözəl bəhslər apardıq, təşəkkür edirəm. Politikal dilizi çox çalışdım, biraz gətirəm, əşalıq gəlmədik, amma hər halda gözəl. Təşəkkür edirəm. Dostlar, gələn həftə, yəni cuma axşamı, cümədən Salih bəy Kamirani ilə davam edəcək. Azərbaycan Mərkəz Partisi lideridir. Eyni halda TV-ləri vardı, onlarla davam edəcək. Və bunu da deyim, dünənləri xəbəri vermişdim. Salih bəyin əmri üzrə
fərmayışı üzrə televizyon bizim videolarımızı hazırlamağa başlayıblar və yaymağa başlayırlar. Yəni həqiqətən gözəl bir şeylə buradan da mən da Salih bəydən bilmirəm də vardı yoxdur, mən təşəkkür edeyim. Bu çox gözəl bir imkandır ki, yəni televizyon vasitəsilə bu yayılsın cəmaətimizin içinə. Bizim media imkanlarımız həqiqətən çox zəif və azdır. Bu günlərdə təşrif gətirmişlər, baxdılar uzun zaman. Salih bəy Yıldırım cənabları da buradaydı. Əgər iştibah eləməsəm Araz Ataxanı da gördüm. Ondan sonra yazarlarımızın çoxunu gördüm burada. Bilmirəm qaldılar, qalmadılar, getdilər. Onları mən görə bilmirəm çünki gedir üstə. Amma çox kaliteli insanlarımız gəlmişlər, baxırdılar qəziyyəni, yəni sonra da videolara baxırlar falan. Bu da bir tərəfdir. Mən özümdəki normalda bir 300 adama göndərirəm. Yəni videoları 300 adama göndərirəm. Bilirsiniz daha bir ilginç bir nöqtə var burada. Maraqlı yəni bir məqam var. O da budur ki, deyirlər ki, eşidəndə ki, siz məndən müsahibə eləyirsiniz. Deyirlər bir istiqlalçı, bir federalçını necə bir müsahibə eləyəcək? Baxın, bu nə cür müsahibədir? Orada nə cür danışdılar bir-birindən? Ona görə gözəl örnek olacaq bu bizim bu danışmamız ki, yəni mən yazılarımda da o videolara alt yazıcı yazıram. Hətta orada da yazıram ki, bizim Yunus bəylə bəzi mövzularda çox ixtilaflı şeyimiz oldu. Çəlişki danışığımız oldu. Məsələn, dünənlər bir Türkiyə haqqında bir gün ciddi bəhsimiz oldu. Mən cənabımızla müxalif getdim bir gün. Şeyin üstündə oldu, döktür deyirəm. Pişəvəri rəhmətliğinin üstündə ciddi bəhsimiz oldu. Demokrasinin haqqında ciddi bəhsimiz olubdu. İranın haqqında ciddi, çoxlu mövzularda ciddi bəhsimiz oldu. Amma bunu yazıram ki, iki insan ki, bağırmadan, çağırmadan, tohin eləmədən, ay sən təciyə tələbsən, sən istiqlalçısan, sən federalçısan, bunların üstünə, bunlara bərtəs vurmadan iki dana insan kimi oturup danışabiliriz. Evet. Fikirlərimizi alıb veririk, bir-birimizi eşidirik. Mühüm bu deyil. Ən mühümü budur ki, mən cənabınızı eşidirəm, cənabınız məni eşidirsiniz. Onlar da bizi eşidirlər. Məsələn, bura gəlib, məsələn, bu dostlarımız gəlmişlər, bu günlər istiqlalçılar, cənabınıza qulaq asırdılar. Yəni, hətta, məsələn, bir-iki dəfə yazılıb, o birisilər fəqət səlam, Yunus bəy, necəsiniz, halınız, əhvalınız, bundan izafi heç kəs yazmır, otururlar, fəqət qulaq asırlar. Biz birinci dəfə bir-birimizin eşitməyi məcburiyyətindəyik. Çünki məsələn, mən baxanda görürəm ki, sizlə istiqlalçıların o qədər bir fərqi yoxdur. Bəzi yerdə radikalsınız. Bəzi yerdə dağlısınız. Yəni, bəzi yerdə təbii ki, məsələn, siz İranın sabahçı sorularını gələcəkdir. Məsələn, indidən də soruşun, sabaha hazırlaşın. Məsələn, siz istiqlalçıların qabağında federalçısınız, yoxsa İranın qabağında federalçısınız? Buradan başlayasınız. Bəli, sabah cavab verəcəksiniz. Güzeldir. Bir sual verirsiniz, yaxşıdır. Sabahdan biraz sinerjini inəmə. Doğrudur. Ərz edeyim xidmətinizə dostlar. Buradan 3 parti gərək şirkət eləyirlər. Bərnamələr qabaqdan yazmışdıq. Güney Azərbaycan İstiqlal Partisi 6 gün huzur tapıbdır. Sonra da 6 gün, 7 gün bunları video şeklində göndəribdir. İndi biz 11 dana onların videolarını görə bilərsiniz. 11-ci bölümdən qoyduq. Görə bilərsiniz. 6 günün, 5 günün milli ərdəmli, 1 günün də ərdəmli. Güney Azərbaycan Demokratik Türk Birliyi Təşkilatı mütəəssifانə gəlmədi. Yenə də əvvəldə dəvət eləmişdik. Yenə də dəvət edirəm. Təşrif gətirsinlər programa və sorulara cavab versinlər. Burada bir kültür yaranır. İndi biz danışıq kültürü, siyasət kültürü yaradırıq. Çox yüksək səviyyədə. Yəni, mən sizin cənabınızdan da soruşa biləm, Şamili. Siz nəzərinizcə danışqah səthində ya nə səthində bu bəhslər için cənabınızın edirik? Bunu ərziyabiz nə səthidədir? Hangi səthidədir? Qəşəng başlanğıcdır. Yəni, başlanğıc yaxşı başlanıbdır, güzel başlanıbdır. Qoyun biraz da devam etsin. Bir dəyərləndirəcəm sizin sözü. Yəni, biraz elə ciddi dəyərləndirib yayacağım sizin. Suallar yaxşıdır. Suallar, itibaren suallar yaxşıdır ki, onu yəni bir akademik kategorize olsunlar filan. Yəni onu bir yere yığıb onu toplayıp siz ondan bir nəticələr ala bilərsiniz. Yəni bir yere eğer siz mesela bir tez yazarsınız, şuna eləyərsiniz. Yəni o səviyyədə suallar toplum olursa, gələk sualların hamısı gəlməyib mənə bir bölümü bilirəm.
Amma görürəm ki, yəni işləmə olar da onun üstündə, sualların üstündə ki, gözəl bir sonuç Mən çıxardasın. cənabınıza soruları İnşaat çıxardasın. göndərmişəm. Mən bu gün Qazaxıstan cənabınıza sualları göndərdim. Sualları çoxdan göndərdim. Yox, Bugün sual var məndə, ehtiyac yox göndərsiniz. Tamam. O suallara ki, sabahlar cavab yetirənməyəcəyik verək. Onlara kətbi ya şəfahi cavab istəyəcəm cənabınızdan. İndidən də bunu deyim ki, onları cavab... Yəni, şey deyək, onları üçün səsindən danışmışıq, elə səsindən devam edək ki, qulaq asmaq rahat olur. Qulaq asmaq, maşında gedirlər, oturub evdə iş görürlər, yəni, qəzəb pişirirlər. Yazılsın. İndi onları buradan elə bunu da deyim. Mənim projem budur. Bu dünənləri Salih bəyin son şeyi qurtuldu, videoları. Salih bəylə bugün danışacağım, xahiş edəcəm ki, bir özü də baxsın əvvəldən axirə. Bir ayın içində, 2 ayın içində mənə xəbər versin ki, sorulara bir şey əlavə, cavablara bir şey dəyişmək istəyir, əlavə eləmək istəyir, nə cür. Ondan sonra onları kitab şəklində hazırlayacağam. Yəni bir nəfərə pul verəcək, onu tayp eləsin. Ya da taypını görək, eləyə bilsək YouTube-dan götürək, onu İngilisi Farsı, İngilisi Türkçü, Ərəbi Türkçü və bu da bu Türkçü, İngilisi Türkçü. Bu şəkildə o kitap şəklində verək dünya üzərində yayılsın və bəlli olsun ki, Azərbaycanda siyasilərimiz nə düşünür? Əla fikirdir. Çox sağ olun, təşəkkür edirəm. Bizə sağ olun, zəhmət çəksiniz həqiqətən, vaxt qoysunuz belə. Var olasın. Ona görə qəddarlıq lazımdır. Qurban. Təşəkkürlər. Dostlar, sizə də hamımıza can sağlığı arzu edirəm. Lütf elədiniz, gəldiniz. Sabahları saat 9 Təbriz vaxtı ilə yenə də canlı yayımız Sayın Yunus bəy Şamili cənabları ilə davam tapacaqdır. Gecəz xeyrə qalsın, görüşmək ümidi ilə. Sağ olun.